Salam əziz və hörmətli dostlar, xoş gördük. Necəsiz? Umaram keyfiniz sazdır, yaxşısınız. Mən istirdim, xahiş eləyəm ki, dostları çağırasınız. Düzdür, siyasi bəhslərə girişən olmaz və ideolojik bəhslər, düşüncə bəhsləri çox az olar. Hətta cəlibdir, bu günləri bir qıssa yazı yazırdım xanım Şirin İbadiyə görə. Ki bu elə o haqqda da danışacağam. O yazı haqqında bir-iki fikir orada ortaya qoydum. Onu danışacağam burada. Amma cəlibdir ki, gördüm xanım Şirin İbadinin də tərəfdarı azdır. Bundan belə ki, dünya üzərində tanınmış bir xanımdır, Nobel alıbdır və çox məşhur radio televizyonlar tanıyır, biləsindən müsahibə elirlər, gəlir, gedir, biləxərə adlı sanlı bir adamdır. Amma onun da baxıcıları və onlayn müxatibləri, sosial mediası 40 min nəfərdir. Yəni bəzi coş deyənlərin içinə baxırsınız 7-8 milyon nəfər, amma xanım Şirin İbadi məsələn birdən 40 min nəfər, yəni ki, bəllidir, bu çox aşağı bir rəqəmdir. Ərz edeyim xidmətinizə və bunu göstərir ki, İranda yaşayan insanlar və millətlər, dostlardan biri elə bir, hələ mən üstə gəlməmiş Hakan Öztürk. Tamam əziz dostum, mən indi sizi üstə çağırıram Hakan bəy. Qonumuz haqqında danışacağıq. Qonumuz xanım Şirin İbadinin bu son seminarda olmamasıdır. Niyə olmamasıdır, onu nədən görmək lazımdır. O haqdadır konu. Bu haqda əgər sözünüz olsa buyurun. Ben burada bir accept edirəm, amma neden accept olmur? Okey, olmadı dostum, ben çalıştım, 3 dəfə də vurdum, amma bəlkə indi sonra görsələr. Bir də salam ərz edirəm dostlara ki, huzurları vardı, çox xoş gördük, xoş gəlmişsiniz. Ərz eləyim huzurunuza ki, bir neçə gün bundan qabaq, bu günlər ayın fikrim 6-sıdır, baxın bir dəfə də çək eləyim özüm, 7-sidir. Bu günləri ayın 7-sidir burada. 4-ündə, yəni 3 gün qabaq Almanda bir dənə, salamlar, saygılar dostlar. Almanda bir dənə Azərbaycanlılar bir seminar keçirdilər. Bu seminarda demokrasi payidar, qalıcı demokrasi haqqında danışırdılar. Amma məsələ budur ki, acaba demokrasi var ki payidar olsun? Yəni payidar orada danışırlar ki, məsələn deyirlər ki, meşələrin qalması haqqında danışır. Çünki meşə var. Az da olsa var. Vəli acaba indi İran adlanan yerdə və İran adlanan yerdə olan insanların arasında siyasilərin, partilərin, hüquq bəşərlərin arasında demokrasi var mı? Məsələn, acaba bir bəluç tutulanda ya edam olanda ərəblər, ya bəluçları xiyabanda öldürəndə, ya dinləri bağlı olanda bu hüquqi bəşərçilər, bu siyasilər, bu hizblər, bu partilər, bu demokrasicilər, bu cumhuriyetçilər, o filan bəhman bunlar, o şahçılar, bu mücahidçilər, o tudeyçilər, bu fədaicilər, bu Kürt, bu Fars, bu Ərəb, bu filan bir-birindən himayət edirmi? Yox, eləmir. Yəni, demokrasi nə deməkdir? Əvvəl biz bir demokrasinin mütəəssifanə mənasını bilmirik. Tamam, yenə çağırıram. Demokrasinin mənası nə deməkdir dostlar? Məncə, mənim düşüncəmdə demokrasi bundan ibarətdir ki, hər bir təşkilat, hər bir dövlət, hər bir sistem ya o nümayəndəlik elədiyi təbəqiyə, qişrə, sinfə
Yəni məsələn əgər biri deyir ki, mən bu karxananın, bu fabrikanın işindən müdafiə edirəm, haqlarından müdafiə edirəm, o gərək o karxanada, o fabrikada olan işçilərin iradəsinə boyun əyə. Yəni o iradə o işçilərin iradəsi olar, o fabrikada. Yox deyir mən məsələn Azərbaycanda, mən Türk içində, mən İranda olan Azərbaycan içində, mən Tehranda, mən filan yerdə, ya mən İranda işçilərin haqqını müdafiə edirəm. Bu gərək o işçilərin haqqla iradəsinə boyun əyə. Çünki düzdür, partilərin bir şeyi var. Bir məramnaməsi var. Onun üçün gəlirlər iş üstə. Amma demokrasi budur. Demokrasida deyir ki, mənim bu üzvlər gərək bunu dəyişdirə bilər. Əgər siz Azərbaycan partisisiz məsələn, bu Azərbaycan partisini gərək Azərbaycanlılar dəyişdirə bilər. Yəni iradəsi, bu adamların, hizbidə olan adamların bərnaməsinin, hər şeyinin hədəfi o millətin əlindədir. O millətə, siz deyirsiniz, mən buranın şeyiyəm da, yəni bunların iradəsi, bu iradə bunlarındır. Demokrasi əgər olsa, yox, bir dənə hizb deyir, mən demokratik deyiləm. Biri deyir ki, mən çirkiyəm, biri deyir, mən əskəri bir partiyəm, biri deyir, mən ideolojik bir partiyəm, biri deyir, mən dinçi bir partiyəm. Amma bunların ideolojiləri fərq edir. Bu ideolojiyə görə, mən demokratik deyiləm, mən demokrasini qəbul eləmirəm. Məndə silsilə məratib var, məndə bir başda bir adam vardı, ya başda bir şura vardı, aşağıda ona bağlıdır. Belə bir gəlişmə ilə gəlirlərsə, onda demokrasinin mənası yoxdur. Amma əgər biri deyir ki, mən demokrasi istəyirəm, demokrasinin əvvəl mənası nədir? Demokrasi yəni millətin iradəsi. Hükümət mərdum bər mərdum deyil. Çünki heç vaxt, yəni farsca deyirlər, hükümət mərdum bər mərdum. Yəni toplumun topluma hakimiyyət eləməsi. Əslində belə bir şey ola bilməz. Çünki toplum ibarətdir bireylərdən, yəni fərdilərdən. Bu fərdilərin də hamısı bir-birinə hakimiyyətləri ola bilməz. Demokrasidə nümayəndəlik var. Seçimlik vardır. Bir adam gəlir, deyir ki, mən məsələn bu şeylərə görə, o birisi deyir bu şeylərə görə istəyirəm kandid olam ya istəyirəm iş gələm iş üstə bu fikirləri, düşüncələrimi aparam. Millət onu düşüncələrin bəyənlərsələr, indi bəziləri də təbliğatla beyinləri yuyurlar, o başqa bir şeydir, o ayrı bir şeydir, əslən o ötürəci yox. Amma əgər bu şüarları millət bəyənərsə, onu gətirər üstə. Bəyənərsə, gətirərsə üstə, sonra pəşiman olarsa, sonra görərsə yalan deyibdi, oradan götürməyə. Əgər bu iradəni bir demokrasidən danışan qəbul eləməsə, o demokratik deyil. Məncə İranda demokrasi yoxdur. Ən başda səltənət tələblər, onları ki İrançıdılar, bunu baxın, mən istiqlalçıyam, bu ayrı, bunu qoyaq qırağa. Yəni mən burada bəhs eləyəndə istiqlalçı olaraq da bəhs eləyirəm. Amma əl-an bu istiqlalçılığı qoyaq qırağa. Deyək ki, Azərbaycan milləti, Türk milləti ki İranda var, deyir, biz istirik İrandan çıxaq. Hangi bir demokrasidən danışan adam deyə bilər ki, siz niyə çıxırsınız? Kim dəlil istəyə bilər? Yəni deyə bilər ki, mən yox, dəlil gətirir, niyə çıxırsınız? Göylüm istəyir, çıxam əslən. Əslən heç bir dəlil lazım deyil. Bir dənə dəlil lazım deyil. Gətirək ki, mən istəyirəm səndən niyə qalmayam? Sən istəyirsən əgər səndən qalmayam, sən denən ki, nə iş görürsən ki, mən ayrılmayam? Ya nə iş görübsən ki, mən ayrılıram? Yəni sənsən, mən iradəm budur ki, mən demokrasi budur da, mən iradə edirəm ki, bu gündən İrandan çıxam eşiyə. Müstəqil bir məmləkət quram. Bu istiqlalı, bu iradəni, baxın millətin iradəsinin rəsmiyyəti tanımaq, yəni istiqlal, üzr istəyirəm, yəni demokrasi. Əgər bir dənə təşkilat, bir dənə adam, hər kəs olur olsun, İrançılar olsun, şahçılar olsun, mücahidlər olsun, Azərbaycanlı olsun, Türk olsun, hər kəs olur, hangi ideolojin olursun. Əgər desə mən demokrasi axtarıram, demokratik bir sistem axtarıram, mən demokratik bir adamam, onun mənası budur ki, mən millətin iradəsinə təsliməm. Millətin iradəsini nə cür görərlər dostlar? Millətin iradəsi 2-3 şeydə görsənər, özün görsənər. Bil budur ki, millətin iradəsinin o millətin ziyalıları
öndə gedənləri, düşünürləri, filsufları ortaya qoyarlar. Ən görkəmli yer buradır. Niyə? Çünki bəzən millətlər yox, bəzən yox, həmişə millətlər o gücün baskısı altında olduğu üçün onların istəkləri bilinməz. Gizlərlər, qorxarlar. İndi mən bunları indi burada çox danışıram, amma sonra xanım Şirin İbadiyə yazdığım məktubda baxanda görəcəksiniz ki, məktub deyil, əlbəttə bir dənə yazıdır da. Orada görəcəksiniz ki, nə deyirəm. İndi, əgər bir millətin iradəsini siz qəbul edirsiniz, qutuldu getdi. Qəbul eləməsə o da qutuldu getdi. Və bunun heç şeylə olmaq olmaz. Gecərək deyəcəksən, mən demokrasiyonu istəyirəm, demokrasiyonun tərəfdarıyam, demokrasiyam, ya da deyəcəksən, mən demokrasiyadan acığım gəlir, qəbul eləmirəm. Çünki olmaz deyəsən, mən demokrasiyam, amma İranın təcziyəsindən müxalifəm. Olmadı. Yəni, millətin iradəsini qəbul eləmədi. Dostlar, əgər istəyirlər bu haqda danışalar, indi biraz bəhsi açdım. Əgər istəyirlər bu haqda danışalar, okeydir. Eləyə bilərlər, gəlsinlər, danışsınlar. Xahiş edəcəm, lütfən ədəbli, mərifətli, mərkanlı danışaq bir-birimizdən. Bir-birimizdən düşüncə alveri eləyək və gözəl təcrübələr qazanaq. Millətlər neçə yoldan dedik ki, gələrlər, bilərlər ki, millətin iradəsi bilinər. Millətin istəyi bilinər. Biri bu oldu ki, ziyalıları gələr deyər ki, biz bunları istiyoruz. Niyə? Çünki deyər, bizim millətimiz o hegemoni, o güc hakimdir, o gücün baskısı altındadır, o güc məlumat versə xəbəri var, məlumat versə xəbəri yoxdur. Amma mən ki, bu millətin uzun müddətli gələcəyin görürəm, mənafiyin görürəm, mən bunları indidən danışıram, bizim millətimiz də eşitsin, bilsin ki, bizim haqqılarımız, istəklərimiz nədir? Haqqlarında bir şey yoxdur. Amma o zaman ki, mən iradə edirəm bir şeyə, o mənə haqqı olur. Haqq mənim nəzərimdə, mənim iradəm və gücümdən gəlir. O zaman ki, mən iradə elədim, hətta gücüm də olmadı onu əldə edən, bu mənim haqqımdır. İradə üçün eləyirəm də, deyirəm ki, mən istəyirəm ki, filan şey mənim olsun. Bu mənim haqqımdır ki, onu ələ gətirməyə çalışam, onu ələ gətirəm. Bu mənim haqqımdır. Heç kəs bunun qabağında dura bilməz. İstəyirəm ki, bu zülmün, bu şeyin altından çıxam, yenə də bu mənim haqqım oldu. Çünki mən iradə eləyəndə haqqı tərif olur. Əgər mənim iradəm olmasa, haqqı tərif eləmək olmaz. Haqqı o birisi adam ki, iradə edir, o tərif elər. Bunun üçün mən o haqqında çox danışmışam. Onu da, bəs birincisi oldu, ziyalılar, roşənfikrilər, öndə gedənlər gələrlər, deyərlər ki, bizim millətin haqqları, iradəsi budur, bizim millətin mənafiyi budur. Millət onları eşitdikcə ona tərəf gələr. Çünki insanlar da ən belə baskın şəraitdə insanlar mənfəətlərini düşünərlər. Milli mənfəətlərində düşünərlər, fərdi mənfəətlərində düşünərlər, bireysel mənfəətlərində düşünərlər. İkinci yol nədir? İkinci yoldur ki, bir azad sistem olursa, millət orada çıxar, xiyabanlarda nümayiş keçirdər. Etiraz ya himayət keçirdər. Partiləri olar, bu parti deyər ki, mən istəyirəm istiqlal alam, o birisi deyər mən federal istəyirəm, bu birisi deyər mən muxtarlıq istəyirəm, bu birisi deyər mən İranda qalmaq istəyirəm. Tamam, hamısına azadlıq bərabərdir. Ondan sonra deyər ki, tamam, sən məsələn, istiqlalçılar deyərlər, biz istəyirik çıxaq xiyabana, rahbeymalıq edirik. Milləti də dəvət edirik, bizdən himayət edənlər gəlsin. Himayət edənlər gedərlər, o çıxar xiyabana, himayət edənlər də gedərlər. Burada görsənər ki, millət nə qədər gəlir. Onların bəyaniyəsi olar, filanları olar, hizb yazar, millət yazmaz. Elə İrançılar da yenə otursa səhər çıxarlar, o birisi çıxar. Bəlli olar ki, kim? Yavaş-yavaş burada bəlli olar ki, millət kimdir. Burada da partilər yenə o ziyalıların işin partilər görərlər. Normalda da partilərin içində ziyalılar partiləri qurarlar, ziyalılar partilərə qabağa apararlar, ziyalılar partilərin şüarların, amaçların təyin elərlər. Bu da yenə o ziyalılara bağlıdır. Üçüncü yol budur ki, bir millət azad bir sistemdə gələr referenduma. Referendum nədir? Gedərlər məktub şəkildə hər kəsən öz nəzərin yazar. Mən istəyirəm İrandan qalam ya çıxam. Demokrasi burada bəlli olar. Demokrasi burada bəlli olar ki, bu millət istəyir çıxsın ya yox. Qalsın ya yox. Özü də o millət ki, istəyir ayrıla ya qala, onun ziyalıları deyir, onlar gələr. Onun da şəraitləri var. Şərait nədir? Dostlar, referenduma İranda biz bir dənə referendum görmüşük.
qanun əsası referendumu 58-də bir referendum keçirdi. Biz onda bir referendum görmüşük. Nədir? Bu qanun əsası ki yazılıbdır, buna hən deyirsiniz, yox deyirsiniz. Buna deyərək gətirdilər qanun əsasını. Cəlib budur ki, qanun əsası Azərbaycan zaten onunla müxalifət eləyibdir. O qanun əsasını referenduma qoya bilməsən. Hətta Azərbaycanda. Çünki sən gəlmişsən Azərbaycanda kodita eləmişsən, Azərbaycanın liderlərin, ziyalıların tutmusan, edam eləmişsən, ya məmləkətdən qaçırtmısan, indi deyirsən gəlin rəy verin görək qanun əsasını qəbul edirsiniz. Yox, bir dənə qətliam şəraitdə ki oldu Azərbaycanda, səslər basıldı, gedir hamı deyir, bəli, tamam, mən burada diri qalım, bu rəy verirəm. Çünki qorxu, baskı var. Baskının altında qalan insan məcburdur o baskıdan qorxur. Xüsusən ki, bəzində möhrün olmasa pasport verməyəcəklər, möhrün olmasa, nə bilim, kopen verməyəcəklər, möhrün olmasa sabah bir gəllər, tutarlar, salarlar zindana. Bunları siz o zaman ki, millət belə fikirləşir, yəni azadlıq yoxdur. Yəni demokrasi yoxdur. Azadlıq o zamandır ki, deyəsən ki, mən müxalif rəy verirəm, özdə ələni elam edirəm, heç kəs məni tutamayacaqdır. Doğrudur, doğrudur. Bu haqda danışacağıq. Harala inanın bəy. Başlıq Şirin Rəbadi xanımın o konferansda da keçənləri də biraz danışacağıq, amma əslisi budur. Onun haqqında mən də danışıram. Ərz edeyim ki, bu da bir yoldur ki, bilinər millətin iradəsi nədir? Referendum. Referendumun da deyək şərtləri var. Şərtlərdən biri budur ki, o millət ki, değişim istir, o rəy verər. O birisi millət rəy verməz. Biz dəyişim istirdik. Biz rəy verə bildik. Hamı Cumhur İslami istirsən. Biz dedik ki, vilayət fəqihi qəbul eləmirik. Qurtuldu, getdi. Yəni bizim bəzi dostlarımız Ayətullah şəriət mədarı ilə dinçi olduğu üçün həmlə edirlər. Amma məncə o dostlarımız öz fikirləri özlərinə məncə böyük bir hərəkət idi. Öz məqtəyi tarixisində. O tarixi məqtədə Ayətullah şəriət mədarının fikri və ona bağlı olan parti və o parti ki vardı Xalqi Müsəlmanı İran adı ilə, İrançılıq idi özü də, böyük bir hərəkət idi. Siz indi ki Azərbaycançılıq, türkçülük, istiqlal fikri var, bundan o zamanı 44 il bundan qabaq, 45 il bundan qabağı müqayisə eləyə bilməzsiniz. Çünki deyə bilməsən 45 il bundan qabaq niyə millət Azərbaycan sürəyildi? Deyildi da baskı altından taza çıxmış desən bilmirdi. Deyirdi bəlkə İran bizimdir, qalacaq İranda. Orada bir dana hizb çıxırdı ki, mən vilayət fəqihi mütləqi qəbul eləmirəm. Bu ən böyük alternativdir. Tamam solçular, sağçılar, mücahidlər, fədailər, tudeylər, tamam solçular hamısı qəbul eləmişdi bunu. Şahçılar da qəbul eləmişdi. Çünki şahlığın bir ayrı adı idi da. O halda ki, Azərbaycan və Ayətullah Şərif Mədavi bunu qəbul eləməmişsiniz. İndi gəlib bunu bugünkü düşüncəzlə o günkü bu günləri hər kəs istəyir Ayətullah Şəriət Mədarini məhkum eləsin və o hizbi məhkum eləsin. Gərək deyək ki, mən o tarixdə neçə yaşım var idi? Mənim düşüncəm nə idi? Mən o zaman Şəriət Mədarı kimi düşünürdüm, Xumeyni kimi düşünürdüm. Bunu deyəndən sonra deyək ki, okey, mən məhkum edirəm. Ya ayrı cür düşünürdüm. Mən üçüncü düşüncədə var da, mən ya Şəriət Mədarı kimi düşünürdüm, ya Xumeyni kimi düşünürdüm, ya şahçılar kimi düşünürdüm, ya da məsələn bir ayrı düşüncəm var idi. Məsələn istiqlalçı idim. Amma onlar için məhkum edirlər, onların hamısı o zaman ya Xumeynisilər, ya Şəriət Mədarı. Üçüncü fikir yoxdur. Bunun üçün məncə o zamanda çox yanlışlıqlar eləyirlər, dostlar gəlirlər indiki durumda. Məsələn mən indi istiqlalçıyam. Ayətullah Şəriət Mədarı zamanı hamımız İrançıydıq. Mən düzdür 12, 13 yaş, 14 yaşım olardı, 13 yaşım olardı. Amma hər halda hər yerə baxırdım, hamı Xumeyni, ya Xumeynisi, ya Şəriət Mədarısı. Biz ki Xumeyni tanımırdıq. Vaqiyyət deyim, mən Azərbaycanda eşitməmişdim. Bir nəfər, heç tanıdığım adamları deyim. Mən biləxərə tanımadığım adamları ki bilmirəm. Amma heç kəs onun adını bilmirdi. O zaman ki Ayətullah Şəriət Mədarinin əleyhinə kodita eləməmişlər, qətliam eləməmişlər. Şəriət Mədarinin tərəfdarları Azərbaycanda yüzlər qat Xumeynidən çox idi. Amma Xumeyninin arxasında top var idi, tank var idi, güllə var idi, təyyarə var idi, müsəlsəl var idi. O hegemoni yuxarı idi. O başqa bir şey. Hər halda bir də odur ki referendum keçirdəsiniz. Referendumda dedik şərait budur. Referendumda neçə şərtlər var? 1. Partilər azad olmalıdır. Düşüncələr azad olmalıdır və düşüncə və partilərin əmniyyəti və müxalifəti təzmin olmalıdır.
Yəni yaxşı mənim düşüncəm var. İstiyoruz indi bu düşüncəni aparaq referenduma. Əvvəl gərək mənim düşüncəmin və mənim düşüncə əmniyyətim təmin ola, təzmin ola. Deyirlər ki, bu adam heç bir şəraitdə heç kəs buna, hətta lazım olsa gərək mənə bodyguard verələr, yəni mənə mühafiz verələr, mənə qorucu verələr ki, məni müxaliflərimdən qoruya. Çünki mənim bir alternativ bir düşüncəm var. Təzmin budur. Yəni o qorumalar hazır olalar ki, mənim azadlığım üçün ölələr və öldürələr. Biri istədi məni terror eləsin, onlar onu vursunlar. Yəni bu qədər. Hakimiyyət əgər deyir ki, mən azadlığı qəbul edirəm, biri budur. Ki, mənim həm azadlığımı, həm düşüncə azadlığımı, həm də özümün sağlam qalmağımı təzmin eləyər. Biri bu. İkincisi nədir? İkincisi budur ki, mənim midyam yoxdur. Dövlətin əlindədir midya, ya ruznamələr filan kəslərin əlindədir. Yaxşı azad bir şərait daha. Mahvarə filan kəsin əlindədir filan. Mənim əlimdə yoxdur. Pulum da yoxdur, malım da yoxdur, amma fikrim var. Eləyə bilmirəm ki, bu fikrimi millət aparam. O hakimiyyət gərək təzmin eləyə ki, özünün əlində nə qədər midya var, mənim də əlimdə o qədər midya olsun. Yəni özü əgər gündə 10 saat radio televizyondan təbliğat eləyir, mənim də fikrimə, düşüncəmə və mənim də fikrimin, düşüncəmin tərəfdarlarına 10 saat radio televizyonda, həman radio televizyonda vaxt versin. Yoxsa məsələn mənə gətirə deyə ki, mən İranın başında təbliğat eləyəcəm. Sən məsələn getcindən fəqət Ərdəbildə, ya getcindən Üsküdə, ya get fəqət Tərbizdə radio ilə danış, dünyanın heç yeri sənin səsini bilməsin. Yox, bu deyil. Həman səsi ki, sən hardan yetirirsən şeyə, mən də o. Çünki referendumda güclərin bərabər olması, düşüncələrin bir-birinə yaxın gəlməsi və savaşması lazımdır. Amma bərabər meydanda. Bərabər haqla, bərabər iradə ilə. Üçüncüsü nədir? Üçüncüsü budur ki, partilər də azad olalar. Dördüncüsü budur ki, referendum istəyən ziyalılar, o millətə ki, ziyalıları onlara referendum istəyir, fəqət onlar rəy verə bilərlər. O birisi millətlər ki, o referendumla müxaliflər rəy verəməzlər. Məsələn, deyək ki, istiyoruz, deyək ki, Azərbaycan müstəqil olsun ya yox. Burada fəqət ya sualımız belə ola bilər ki, İranda yaşayan türklər istəyirlər İrandan müstəqil olsunlar ya yox. Onda siz türklərə 1 il, 2 il, 5 il vaxt verərsiniz. Deyirsiniz ki, ziyalılar, bu radio, bu televizyon, məsələn, 12 saatı dövlətin əlindədir, 12 saatı sizin əlindədir. Hər saat 2 saat, 2 saat böləcək və bu dəyişəcəkdir. Nə cür? Yəni, sübh saat 8-dən 10-acan bugün dövlətin əlindədir, sabahları bizim əlimizdə. Bir gün dövlətin əlində, o birisi gün bizim əlimizdə. Yəni, bu cürsü. Yenə, bu cürsü, çünki həm zaman və həm saat gərək bərabər olsun, değişsin ki, o zamanda ki, bir iddə işləyir ya işləmir, onlar da bizim səsimizi eşidə yoxsa dövlət gələr, bir iddə saatları götürər ki, onun səsi çox eşidirlər. Bizim səsimiz az eşidirlər. Məsələn, gecə saat 11-dən o izə deyər sizin vaxtınızdır, 11-dən məsələn 1 arası, özününki də 9-dan 10 arası, ya 11 arası olar. Hamı ayıqdır, baxır, 11-dən də o izə hamı yatıbdır, sənə vaxt verir. Bu olmaz, bu olmadı. Onun üçün gərək midyanı təzmin eləyək ki, midya və saat və imkanlar hamının ixtiyarında bərabər olacaqdır, bərabər saatda olacaqdır. Məsələn, 10 dana düşüncə var, 10 dana düşüncənin saatları bölərlər 10 yerə, məsələn, ya 12 dana var, 12 yerə, hərəsində 1 saat, 2 saat, 24 saatda 1 saat günüz, 1 saat gecə vaxt düşər, bu da fırlanar. İndi, bir də ki, bu fırlanmaq gərək uzun zaman ola. Siz 3 ayda, 5 ayda səsizi heç kəsə getirənməzsiniz. Sizin bəlkə fikriniz hələ toplumda yer aşmayıbdır. Millət çox eşitməyib. Çünki sizin midyaz yoxdur ki. Gərək deyələr ki, məsələn, Kanadada, İskotlandidə, İngilis sistemlərdə bu cür elədilər. Dedilər ki, məsələn, 5 ildən sonra referendum olacaqdır. 3 ildən sonra referendum olacaqdır. 3 il midya, radio, televizyon bu fikrin də düşüncənin tərəfdarları açırlar. Dövlətin əlində olan imkanlar da açılır. Tüm partilər də bunun üstündə tamam müxalif, müvafiq bunu danışırlar. Amma bunu danışanda nə olur? Müvafiq və müxalif hər ikisi danışanda bu söz açılır millətin içində. Millətə də bu icazə verilir ki, hamı öz düşüncəsini təzmin olubdur da olsun. Bu geçsin referenduma. İndi bu şəraitdə tamam, siz referenduma 3 ildən sonra, 5 ildən sonra gələrsiniz referenduma Azərbaycanlılar ya Türklər İranda istiqlal istəyirlər ya yox.
onda da farslardan və şey alınmaz, nəzərə alınmaz. Amma məsələn deyək ki, indi istəyirlər görərlər İran istəyir referendum idarə olunsun ya İran bu şəkildə qalsın, onda tamam gələrlər deyərlər ki, Azərbaycan, Bəluçistan, Ərəbistan, Bəxtiyarilər, Ciləşlər, Mazənilər, Türkəmənlər, Qəşqailər, Xəlicilər, filanlar, Bəhmanlar gəlin məsələn nəzərlərinizi deyin, orada danışın, öz aranızda, millətin içində, medialar da əlinizdə, özünüz də media yaradın, azadlıq, media azadlığı gərək olar. Yəni dövlətin əlində olmaması gərəkir medianın. Ondan sonra bunu olar eləyə bilərsiniz, gedəsiniz orada rəy verəsiniz və deyəsiniz ki, biz istəyirik indi görək ki, nə olur, nə olmur. İndi dostlar, mən demokrasinin haqqında danışdım. Demokrasidən getdik, şeyə də danışdıq biraz. Ki, demokrasinin şərtləri budur, yoxsa demokrasi olmaz. Demokrasi deyil ki, siz gedib rəy verəsiniz, gələsiniz, adamlar hakimiyyət eləyənə. Demokrasi budur ki, siz eləyə biləsiniz iradəzi, istəyinizi hakimiyyətdə olanlara və olmayanlara təhmil eləyəsiniz. Bu populizmdən fərqi var. Populizm ayrı bir şeydir. Populizmdə avamçılıq budur. Dostlar, avamçılıqda məsələn, mən nə mənə danışsam sizin xoşunuza gələr. Siz mənə rəy verərsiniz. Nümunəsini deyim. Nümunəsi Təbrizdə, Azərbaycanda neçə gündən sonra bir məclisin, onlar ki, birinci dövrdə intixabatda rəy gətirməmişlər İran məclisinin, Farsların məclisinə getməğa, onlar indi rəy verəcəklər. Diqqət edin, o 5 nəfəri ki, rəy verəcəklər getsin məclisə, onların söhbətlərinə keçən 2 ayda baxın. Keçən 2 aydan qabaq o molla, o filan kəslər ki, milli danışmırdılar, biz pan-türkidik onların yanında, bizim haqqımız yox idi, Urmu gölüdə əslən dinməzdilər, danışmazdılar, nə bilim, biz Süngün mədənin danışmazdılar, ya o birisi yerləri danışmazdılar. Keçən 2 ayda baxın, bizim hətta millətçilərin medialarında onların sözləri gəlir. Nə var? İran şəhərlilərə həmlə edirlər. İran şəhərlilərə həmlə... Buna deyirlər populist. Niyə? Bu deyir ki, ağa, mən istəyirəm rəy alam. Bu rəyi də mənə Azərbaycandan alacağam. Azərbaycanda da İran şəhərləri müxalifdirlər, Urmu gölünü istəyirlər, nə bilim, özlərinə bir iddia haqlar istəyirlər. Mən bunları deməsəm, bunlar mənə rəy verməyəcəklər. Çünki indi vermədilər, gördülər ki, rəy vermədilər. İndi biz nə etməliyik? Təhsil yolumuz budur ki, çıxaq mənbərə. Baxın da, çıxıblar mənbərə, biz də yaymışıq bunları, mən də yaymışam, dostlar da yayıblar. Biz əməli zalim olmuşuq. Zülmə köməklik eləmişik biz bunları yayanda. Demişik ki, millət, türk milləti, biz sizə bir adamlar tanıtdırırıq ki, siz onlara rəy verin, onlar gəlsin sizə zülm eləsinlər. İstərsiniz, taparam indi, hətta adlarını da oxuyaram xidmətinizə. O sarı saqqallı molla məsələn, Mirtacəddini. Məsələn, indi kandiddir, 2-ci dövrə istəyəcəksin. 4-5 dövrüdür məclisdədir bu adam. Yiyir, itir, kefin çəkir. Amma Azərbaycana görə danışmaz. Türklərə görə danışmaz. Amma bu günləri çıxsınlar, istəsinlər İsrailə məclisdə rahpeymalıq eləsinlər, ya bizim hətta türklərin əleyhinə rahpeymalıq eləsinlər, Azərbaycan Cumhuriyyətinin əleyhinə rahpeymalıq eləsinlər, onda rahpeymalıq elərlər. Onda bunlar məclisdə çıxarlar, ermənilərdən bəhd danışarlar bizim əleyhimizə. Buna deyirlər populist. Populist o adamdır ki, özünün etiqadı yoxdur, etiqadın kətbi olaraq gizləyibdir, illər boyu. İndi ki görür, mənim ehtiyacım var. Bunlara nə deyirlər? Opportunist. Opportunistin ərəbcə, farscası olur fürsət tələb. Fürsətçi. Fürsətçi. Görür ki, indi vaxtidir. Mən indi eləyə biləm, fayda götürəm. Nə cür fayda götürəm? Bu adamı beləsi toğlaya bilirəm. Buna deyirlər populist. Populist o adamdır ki, özün gizlir, ya özün görsətmir, mənafeyinə baxır, mənim mənafeyim indi hardadır, gedir onu da alırsın. Opportunist. Opportunist. Bunlar olardılar. İndi populist olmaq belədir. Populist o adamdır ki, məsələn, mən indi görüm. Məsələn deyirəm. Dostlardan biri çağırıb məni ki, gəcinə şeyin haqqında danışaq. Abbas Lisani cənabları ilə Mehrəli bəyli cənablarının ixtilafları haqqında danışaq. Niyə danışaq? Mənə deyin görüm, niyə əslən bu mövzunu biz danışırıq? 2 nəfərin ixtilafı var. Niyə biz onu danışırıq?
Və bu iki ixtilaf çox gözəldir. Niyəsin ixtilaflardan narahat ol? İxtilaflardan normalda ixtilaflardan üçüncü yol çıxar. Çünki biri tezdir, biri antitezdir. Biri sentez buradan ortaya çıxacaqdır. Antitez nə demək? Biri bunu istəyir, biri bunu istəyir. Bunlar ikisi bir-birindən müxalifdirlər. Bir-birlərini vuracaq, itələyəcəklər. Bu o üzə, o üzə. Bu iki gücün arasında biri də insanlar. Nə o tərəflikdir, nə bu tərəflikdir. Ya da elə hər ikisinin də tərəfdə, amma baxır görüm nə var burada. Baxırlar görəcək, bunların heç birisi mənim dərdimə dəyməz. Gedir o birisinə. Mən dostlardan gördüm ki, 2 nəfər elə bir istəyib gəlsin. Mən bunları bir-bir üstə əvvəl Hakan cənablarını vurdum. Əgər accept elirəm, gəlmir. Dostlar, işləmir. Biri də burada Decorative Lifestyle adında birisi var. Görüm o gələ bilir. Dostlar, mən vururam, amma accept olmur. Mən bilmirəm nədəndir, accept olmur. Mütəəssifanə hərəsini 2-3 dəfə də vurdum. Accept olmur. İndi populist nə olmaqdır bu konuda? Populist budur ki, indi burada bir 2 nəfər bir-biri ilə savaşır. Gəl biz də burada bir söyüş verək. Bunu vuraq, ya onu vuraq, ya hangisi zəifdir onu vuraq. Burada biz heç birisini vurmayacaq. Çünki biz populist deyilik, biz opportunist deyilik. Biz millətin əvam dalısıcan getmirik. Biz qəraldır ki, əvama fikir verək. Qəral deyil, əvam. Bizim təşkilatlarımızın müşkülü budur dostlar. Çox təşkilatlarımız, çox siyasilərimizin müşkülü budur ki, fikir ürətmirlər. Gözlürlər ki, İran bir iştibah eləsin, millətə etiraz eləsin. Ondan sonra bunlar bəyaniyə versin. Ya bunlar desin, biz də çıxaq xiyabana falan. Yox, bu deyil. Qədim Farsda Türkçədə öncül, yəni öndə gedən, qabaqda gedən. Önlük də ki, bilirsiniz də, məsələn, çörək bişirənlər önlük bağlarlar. Çörəkxanalarda çörək bişirənlər önlük bağlarlar. Yəni buralarına bir şey bağlarlar ki, o xəmir yapışmasın üstlərinə. Buna deyirik önlük. Ön, yəni qabaq. Qabaqda gedənlərə qədimdən buna deyiblər də, çox qədim. Önlü. Ünlü də hətta bundandır. Ünlü də ya adı çox bəlli olan. Ünlü də budur. İndi bu adam ki öndə gedir, qabaqda gedir. Bunun vəzifəsi budur ki, millətin dalısından sürünsün. Bunun vəzifəsi budur ki, uzaqdakıları görsün. Çox o uzaqda bir şey var. Onu görsün, millətə desin, biz ora getməliyik. Millət mümkündür əvvəldə qəbul eləməyə, dayana, yox ora uzaqdır, biz gedəmərik, oranın yolu çınqıllıdır, daşlıdır, asfalt deyil, çəmənlik deyil, su yoxdur, filan yoxdur, bəhman yoxdur, yorularıq, acalarıq, susalarıq, maşın aparmır, özümüz gərək piyada gedək, arvad uşağımızı neyniyək, balalarımızı neyniyək, kimi alaq çiynimizə, filan, bəhman, bunları deyəcəklər. Yox, mümkündür, ölək, mən ora getmirəm, ölərəm. Amma siz ki bu fikri uzaqdadır, 10 nəfər sizdən eşitdi. Bu 10 nəfər sizə tay gedəcəklər, çalışalar, qəbul elədilər. Gedəcəklər, çalışacaq, olacaqdır 100 nəfər. 100 nəfər olacaq 1000 nəfər. 1000 nəfər olacaq 1 milyon nəfər. Sonra adamlar, siz deməyəcək sonra gedək. Deyəcəksiniz ki, oranı indi əmələn hamı qəbul eləyib. Mən indi ondan bir 100 il sonranı da görürəm. Məsələn, mən dünənləri, keçənki cələsə danışıqda dedim ki, türkçülük çox önəmlidir. Çox önəmlidir. Çünki bizim milli mənfəətimiz türkçülükdadır. Amma 20 il sonra, 50 il sonra türkçülük bizim mənfəətimizə deyil. Çünki 50 il sonra biz Çin qüdrətə gələndə, dünya qüdrəti olanda biz 350 milyon türk bir birlik düzəltsək belə, dövlətlərimizin hamısının gücü bir olsa belə, Çinin yanında biz 9'da 1 olacağıq. Eyni halda ki, Çin, məsələn, geçən 30 ildir çalışır, gələn 50 ildə onlar 80 il, 80 il. 80 il güc çalışıbdır bu teknoloji sahəsində, sərvət sahəsində, siyasət sahəsində, hüquq sahəsində, ideoloji yaratmaq sahəsində, dünyanın ekonomisini əlinə keçirmək sahəsində güc sahibi olubdur. Siz də indi başlayırsınız, güc sahibi olasınız, ondan eləyə bilməzsiniz, rəqabət eləyəsiniz. Amma əgər gələsiniz, İndidən bunu düşünəsiniz, Türkçülüklə İslamçılığın arasında bir düşmənçilik yoxdur və bunlar ikisi bir ola bilər İslam dünyası. Onda siz görərsiniz ki, 50 ildən sonra 1 milyard müsəlman yoxdur. 2 milyard müsəlmanla mənafiyiz birdir, sərvətiz birdir, torpağız birdir, gücüz birdir və siz bir xilafətin varisisiniz. Türklərin xilafət varisidirlər. Bölgədə də, yəni bu müsəlmanlar olan bölgədə də Çindən tutdu ta Avropanın göbəyinə qədər, cəlibdir. Mən dünənlər bir məqalə oxurdum ki,
Bugünkü Sued ki vardı, Suis ya Sued. İndi yadımdan çıxdı ki, bu Türkçe yazında Suvid yazırlar. Bilmirəm ki, Suvid olur Suis ya Sued. Ona görə deyirəm, bilmirəm. Yazmışdı ki, bu şeydir. 150 il bizim hökmümüzün, biz Türklerin hökmü altında, yani müstəmiriymişdi, yax beləsi. Amma biz mütəəssifانه müstəmirə istimar başarmırdıq. Fakat biz oranı almışdıq, əlimizdə saxlamışdıq. Nə dilimizi aparmışıq, nə dinimizi aparmışıq, nə onları qarət eləmişik, nə heç zət. Yəni bunun harası istimardır? Mən bunu bilmirəm. Sömürgə deyil. Hər halda biz fəqət getmişik oranı almışıq, bir 100 il onlara fikir daşımışıq, İslam dünyasının fikrini daşımışıq. İslam fikrinin dünyasını alıblar, dəyişdiriblər, oranı eliblər bu Suis. Amma bizi İslam və Türklük düşmənçiliyi ilə bizi yaradıblar, beynimizi değiştiriblər, müsəlmanlar düşüblər bir-birinin canına, hamısı olub cəhənnəm, hamı buradan qaçır Avropaya, Amerikaya ki, bu müsəlmanların əlindən qutarsın. Bu da bir şeydir ki, biz gərək bunu dəyişdirək. Çünki ideolojisiz, dostlar, ideolojinin dövrəsi keçmir, və keçməz də. Hər bir yeni güc gəlir, o yeni ideoloji gətirməsə güc ola bilməz. İslam gəlibdir, baxın, Yahudiyyət gəlibdir, bir yeni güc gətiribdir Firavunun qabağında. Firavun gücdür, imperatorluqdur. Firavun adam adı deyil, dostlar. Bir sistem, hökumət sistemi adıdır. Ya bəlkə liderlərin adıdır. Məsələn, Ayətullah kimi bir addır, məsələn. Ya Şahənşah kimi bir addır, ya Şah kimi bir ləqəbdir, ya Xaqan kimi bir ləqəbdir Firavun. Çünki hər padişah ki orada çıxır, hər hakim ki çıxır iş üstə, ona Firavun deyilir. Fərq eləməz, xanım olsun, qadın olsun ya erkek olsun. Heç fərq eləmir. İndi biz hər halda istəyək ki, bu gələcəyi görək, populist olmamalıyıq. Biz gələcəyi görməliyik. Gələcəyi də görəndə uzun məsafəli gələcəyi və mənafiyi görməliyik. Onda siz populistdən çıxırsınız. Çünki bəzi sözlər deyirsiniz ki, əvamın, hətta sizdən biraz az düşünən ziyalıların beyni şaqqıldamağa başlayır. Necə ki? Bu filan kəs nə sözdür deyir. Olacaq deyil. Amma yox. Hər şey ki insanın burasına gəlir, dostlar. O şey ola bilər. Onu deyirdik. İsa gəlibdi bir ideoloji gətiribdi. Musa gəlib bir ideoloji gətiribdi. Məhəmməd bir ideoloji gətiribdi. Çəngiz, İskəndər. Hər kəs ki bu dünyada bir iş gördü, bir ideoloji ilə gəlibdi. Çünki ideolojisiz insanları birlədə bilməzsiniz. İnsanları hərəkətə gətirə bilməzsiniz. İdeoloji yaratın. Türkçülük bir ideolojidir. Hətta bizim dostlardan Oğuz bəyin dediği kimi ideoloji türkçülük bir yaşam tərzidir. Mən istəyirəm nə cür yaşayan, türk kimi yaşayan, türk yaşayan. Bu fərqlidir. Məsələn, mən istəyirəm nə cür yaşayan, fars kimi yaşayan. Ya ingilisli kimi, ya Fransa kimi, Fransa dillilər kimi yaşayan fərqli bir ideoloji. Əlbəttə, məsələn, bunun içində siz ideoloji yaratmalısınız. İdeolojisi olmalı. Hər halda biraz bunları uzun danışdım. Onun üçün məni bağışlarsınız, amma hər halda bu qavramı da izah eləmək yaxşı olardı. Amma Şirin xanım İbadiyə mən bir şey yazdım. Orada bir-iki dənə Şirin xanım İbadiyə bu konferansa dəvət olubdu. O birisilərə tayçı dəvət olmuşdular. Bir dəsi onlayn qoşuldular, gedə bilmədilər. Bir dəsi orada yaxın idilər. Maşınla sürdülər, getdilər orada, huzurlar oldu. Yaxçıdır, pisdir, bu başqa bir məsələdir. Mən qəzavət eləmirəm ki, yaxçıdır, pisdir. Mən qəzavət edirəm ki, faydalıdır, faydasızdır. Yaxçı pis yox. Qəzavət edirəm, bunun faydası var, faydası yox. Məncə çox faydalıdır. Türkçü deyildi dili, tamam, türkçü deyildi. Bu bir zəfidir. Amma bu istirdi kiminlə danışsın? Yəni siz istəyirsiniz kiminlə? Məsələn, mən farsça yazıram çox yazılarımı. Mən istəyirəm kiminlə danışam? Mən istəyirəm o adamlar ki, türkünü yazıb oxuya bilmirlər, bunlarla danışam. Fərq eləməz ki, bu ərəbdir, türkdür, Tehranda yaşayan türkdür, Təbrizdə yaşayan, ya Ərdəbildə yaşayan, ya Urmiyədə, ya fərq eləməz. Kətdə yaşayan bir türk ki, əgər türkcəni ya ərəb əlifbasını, ya latin əlifbasını yazıb oxuya bilmir, mən bunlara yazıram. Ki, bunları oxusunlar. Bunlar bilsinlər. Çünki mən əgər türk əlifbası ilə yazanlarla danışsam, elə bir özümlə danışıram da. Məsələn, Oğuz bəylə mən danışsam, ya filan kəslə mən danışsam, ikimiz də bir cür düşünürük da. Burada bizim bir-birimizdən bəhs eləməyə ehtiyacımız o qədər yoxdur. İxtilaflı yerlərimiz gözəldir, onları bəhs edirik, daimə biz bunları bəhs edirik. Amma məsələ budur ki, axı siz o adamlar ki, türkçüdülər, indi türkçü yazırlar, türkçü oxurlar, bunlar əmələn türklü olub, türkçülüğü qəbul eləyiblər. Bunlar türk yaşamağa çalışırlar. Bunlar
qədəmləri bizim gözümüz üstə, başımız üstə. Amma biz kimləri istəyirik ki, düşmənin ordusundan çəkək öz ordumuza. O adamlar ki bizdəndirlər, amma özlərin Fars ya İranlı bilirlər, ya özlərin Azeri bilirlər. Biz istəyirik bunlarla danışaq və ha belə Farsları bölək, ha belə istəyirik ərəblərə deyək ki, ayılın, bəluçlara, türkmenlərə, qəşqaylərə, lorlara, giləklərə, mazənlərə deyək ki, ayılın siz. Niyə? Çünki onlar hər nə qədər ayılsalar, İranın 12 dənə deyək adamı var. Azərbaycanlılara ayıldıqca çıx yanımıza, Qəşqaylıları da ayıldıqca çıx yanımıza, türkmenləri də ayıldıqca çıx yanımıza, ərəbləri də ayıldıqca çıx yanımıza, ya da ki ayıraq getsinlər, düşməndən ayırsınlar. Bəluçları da ayıraq getsinlər düşməndən qırığa, lorları da ayıraq, bəxtiyariləri də ayıraq düşməndən getsinlər, giləkləri də, mazənləri də, bunların hamısını ayırdıq getdilər, talişləri də. Vəsətdə düşməndən kim qaldı? Bir qaldı məsələn Fars. Farsı da indi bölmək lazımdır. Ona da deyəcəksən sən hangi demokrasini qəbul edirsən? Sən demokrasidən tərifin nədir? Demokrasinin tərifin İnsaf Əli Hidayət dedi ki, millətin iradəsinə təslim olmaq və qəbul eləmək. Sən bu millətin iradəsini qəbul edirsən, demokrasisən. Yox, sən desən ki, mən Azərbaycan, ərəblərin, kürdlərin, bəluçların iradəsini qəbul eləmirəm, demokrat deyilsən. Qutuldu getdi. Yəni qutuldu, düşmən içəridən bölünməyə başlandı. Düşmən ya gərək deyə ki, mən demokrasi istəyirəm, demokrasiyim deyə mən demokrasini qəbul edirəm. Hər kəs ki deyir. Biri var deyir, mən demokrasi, məsələn biri də var deyir, mən müsəlmanam. Mənə demokrasi demir. Məndə vilayəti mütləqi fəqih var. Adam gəlib də Vancouverdə rapiymalıq edir, harada rapiymalıq edir, bu gün videosunu gördüm. Pastar paltarı giyibdi. İran pərçəmin götürübdü. Örkün də qoyub başına, armın da vurubdu çiyninə. Yəni bura pastarların almın vurubdu, burada armın vurubdu. Üzün də bağlayıb ki, mənə heç kəs tanımasın. Bir dənə xanım bundan video götürməyə çalışır ki, sən ki bu işi görmüsən. Mən üzünə əhs götürmüsən, niyə bunu gizlədirsən? Adam gedib evdə oturub dazaşdan özünün əhsini salıbdır. Bilmirəm, öz əhsidir, ya ayrı əhsidir. Salıb ki, yenə həman paltarda, amma üzünün əhsini qoyub ki, yəni mən buyam, mən qorxmaram. Belə bir adamlar var. Ki, deyir, mən demokrasi mənə mənası yoxdur. Mənim hakimiyyətim və mənafeyim məna tapır. Farslar bunu deyirlər İranda. Farslara fərq eləməz ki, sosialistlər olsun, komünistlər olsun, liberalistləri olsun, faşistləri olsun, şahçısı olsun, pəhləviçiləri olsun. Şahçı ilə pəhləviçi fərqi var dostlar, bunu da bilin. Şahçı o adamdır ki, deyir, şah, hər kəs şah ola bilər. Şahçı budur. Deyir ki, mən şah sisteminə etiqadım vardır və hər kəs şah ola bilər. Məsələn, rəy ilə götürürük, şah qoyarıq. Məsələn, bir nəfər şah olar, bunun nəsli şah olar, yox, nəslində o öləndən sonra o birisi gəlir şah şeylə seçilər. Amma madamul ömrü, o zaman ki, diridir, şah olar, o zaman ki, baxın görün, şahlıq budur. Bir də var pəhləviçi. Deyir ki, bax, pəhləvinin oğlu dəli də olsa mən istəyirəm gəlsin bura, səfeh də olsa istəyirəm gəlsin bura. Bunlar da pəhləviçidirlər. Bu deyir, fəqət pəhləvinin toxumu gərək şah ola. Qutuldu getdi. Bu ayrıdır. Bu pəhləviçidirlər. Bunlar şahçı deyirlər. Bunlar səltənət deyirlər. Səltənət tələb deyirlər. Səltənət tələb dedim də, mənim mənasını dedim. İndi, hər halda bu seminara xanım Şirin İbadə dəvət olubdur, gedibdir. Qərarlı geçsin. Burada bilmirəm, mən bu seminarı çox qulaq asa bilmədim. Yəni qulaq asamadım. Məsələn, 2 dana söhbətə qulaq asmışam, birində oxumuşam. Bu qədər. Əlbəttə, onu mən oxumuşam. Onu da Tribun nəşriyyəsinin səsini qoyubdu. Mən də Ayətullah Şərif Mədənin oğlu mühəndis Həsən Şərif Müdarinin yazısın ki, o seminarda oxunacağı deyə oxuyubdur, onu səsli qoyublar bura. Sağ olun dostum, təşəkkür edirəm, var olasınız. Qoyublar ora, çox gözəl, mən qulaq astım. Bir bu ki, burada siyasi bir qurum danışır ki, bunlar İrandan ayrılmaq istəmirlər. İstiqlal tələb deyirlər. Bu, birincisi bu. İstiqlal tələblər danışmırlar. Burada ən yuxarısı demokrasiyçilər danışırlar. Ayırt edirik. Baxın, düşüncələrə ayırt edirik, onun üzündə nəqd edirik.
Deyə bilmərəm ki, sən niyə istiqlalçı deyilsən? Sənə nə istiqlalçı deyirəm? Sən bunu heç kəsə deyə bilmərəm. Sən niyə istiqlalçı deyilsən? Sən niyə federalçı deyilsən? Sən niyə İrançı deyilsən? Biz bunları heç kəsə deyə bilmərik. Haqqınız yoxdur çünki. Axı mən niyə məsələn birinə deyim ki, sən niyə məsələn mən bu işi istəyirəm, sən məsələn mənim düşüncəmdə niyə deyilsən? Tamam, sənin düşüncəni qəbul eləmirəm. Tutuldu getdi bu rahatlıqda. Onun üçün biz adamlara deyəmərik ki, siz niyə istiqlalçı deyilsiniz? Siz niyə özünüzü türk tərif eləmirsiniz? Onlar özlərinə bir tane özlərini tərif eləyiblər. Biz demokrasi istəyənlərik və demokrasinin qalıqlı olmasın, davamlı olmasının talibiyik. Siz bunu nəqd eləyə bilərsiniz. Nəqd bunun üstünə gələr. Nəqd bunun üstünə gələ bilər. Qoca bəy, mən diriyəm, şükür olsun. Bəli, diriyəm əziz dost. Ya evet yazıbdı. Evet TV yazıb ki, Qoca bəy siz dirisiz. Elə belə bir şeylərdir. Yəni mən bunu baş tapmadım. Kim kimə yazır, sən dirisən. Şükür Allaha ki, dostlar diridirlər. Ərz edeyim xidmətinizə ki, burada konferansda demokrasi tərəfdarlarının Azərbaycanlı, özlərin Azərbaycanlı tərif eləyən Fars dilin seçdiklərinə görə İranda işğal olan Azərbaycanlılar ki, özlərin demokrasiçi bilirlər gəliblər ora. Onlar özlərinə siyasi ideoloji götürməyiblər bu şeydə. Tərif eləməyiblər ki, məsələn, federalistlər, İrançılar, bunlar yox. Azərbaycan deyiblər. Əgər mən bunu adını görsəm, icazə buyurun, bunun adını dəqiq türkçəsi mənim yadımdadır, amma şey də eləyə bilərəm, yəni tapa bilərəm ki, onu görürüm ki, burada əksi gərək ola məndə seminarın. Bir dəqiqə dostlar, mən onu görürüm, məndə əksi var ya yox. Fikir edirəm ki, onlar özlərin tərif eləməyiblər orada. Fəqət deyiblər ki, biz demokrasi tərəfdarıyıq, amma Azərbaycanlıyıq. Azərbaycanlılığı. Kəlmələr insanları tərif edirlər, dostlar. Bəyrəng deyir ki, səliqədir ola. İstiqlal, İran balası qalmaq bir dəlil istir. Yox. İndi bunları danışırıq da, mən elə bu günləri bunu danışıram. Ərz edeyim xidmətinizə, icazə buyurun, əvvəl bu seminarı tapım. Çünki mən bu seminarı bir yerdə burada gərək ki, bir şey yazmışam, buna görə qoymuşam, amma niyə indi tapamıram? Dostlar, bu arada deyim ki, biz Ordu 5-in 27-sindən canlı yayın başlayacaqdı. Həm burada ki, indi əlan huzurunuz vardı, həm də Düşüncə Bağı adlı bir otaq açmışıq Clubhouse-da. Orada Düşüncə Bağı. Düşüncə Bağında liderləri gətirəcək. Azərbaycanda olan türklərin ya İranda olan türklərin siyasi partilərinin liderlərini gətirəcək. Onlar hərəsinin bir həftə vaxtı vardır ki, gələrlər, sorularımız haqqında cavab verərlər. Çoxlu şeylər soruşacaq. 500-ə yaxın sual soruşacaq hərəsindən. Əlbəttə, orada da bu suallar çox ola biləcəkdir. Onları soruşacaq və cavab alacaq. Dostlar, mən heç bunu yazmışam, amma bilmirəm niyə tapa bilmədim. Burada umaram ki, inşallah Oğuz Türk cənablarının səhifəsinə onu göndərmiş olam. Əgər tapsam buradan, orada hətmən burada, çünki bilirəm biz qərarlı idi bunda danışaq. Ona görə onu göndərmiş. Burada bir-birimizə ki, bunu da danışaq. Bəli, burada, tamam. Azərbaycan, baxın bu adına görə mən deyirəm ki, indi bunu biz istirik təhlil eləyək, görək ki, bu seminarın istiqlalçılığı var, yoxdur. Siyasi ideolojisi var ya yoxdur. Əvvəl bunu çıxadaq bu kəlmələrin içində. Azərbaycan bu bir müstəqil, bu siyasi bir sözdür. Çünki Azərbaycan bir siyasi
coğrafiyayı ve hatta dil ve düşünce varlığıdır. Yəni həm düşüncəmizdə Azərbaycan bizə bir mənası var. Azərbaycanın mənası İran Azərbaycanından fərqlidir. Yəni baxın, çox diqqətli eləyək. O zaman ki deyirsiniz İran Azərbaycanı ya deyirsiniz Azərbaycan fərq elədi. Əgər yazsaydı Azərbaycanı Cənubi daha fərq elədi. Çünki onda siyasiliyi daha güclənərdi. İndi o zaman ki İranı müstəqil yazıbdı Azərbaycan, İranla işimiz olmasın. Biri deyibdi ki yazaq Azərbaycanı İran, biri deyibdi yazaq, yazmayaq. Onun üstə bəhs deyibdi yazaq Azərbaycan. Bu bəllidir ki onların içində bir iki dəstəlik vardı ki Güney Azərbaycan yazmayaq, İran Azərbaycanı da yazmayaq. Bunun içində bir belə iki dəstəliyi görmək olur. Xətt arasında dostlardan biri bir mətni yazıbdı. Onu oxuram, görüm ki, nə yazıbdı. Tamam. Və rəvəndi. Azərbaycan məsələsindən sonra və rəvəndi şəkilgiriyə, demokrasiyə payidar. Bərgüzar, indi burada rəvənd getmək, yol, yöntəm. Bizdə türkçədə yol, yöntəm. Şəkilgiri bilirik də, yəni düzəlmək. Nə cür düzəlsin? Demokrasiyə payidar. Bir dənə qalarğı, davamlı demokrasinin düzəlməyi üçün nə etməliyik? Beləsi bir şey götürüblər özlərinə. Ya hangi yol yöntəmlə bir qalarğı demokrasi düzəltmək olar? Belə bir şey deyirlər. Azərbaycan və burada bir Azərbaycana təkid eləməyin siyasi anlamı var. Tərifdir. Bu konferansın kəlmə-kəlmə tərif eləyiblər. Yəni hər kəlmənin özünün anlamı var. Biz bu kəlmənin anlamalarına diqqət etməliyik. Demokrasini nə cür məna eləyirlər demir. Niyə? Çünki qərarlı demokrasini danışalar. Orada 10 nəfər, 20 nəfər, hər neçə nəfər ki burada adları var, indi oxuyaram xidmətsə, bunların hərəsi demokrasini və Azərbaycanla ilgili, diqqət buyurun, Azərbaycanla ilgili və Azərbaycanlılarla ilgili və Azərbaycan tarixi ilə ilgili, Azərbaycan dili ilə ilgili, Azərbaycan iqtisadi ilə ilgili, Azərbaycanda yaşayan insanların iradəsi ilə ilgili hər kəsən öz düşüncəsini qoyacaqdır. Amma bunu bağlayacaqdır demokrasiyə və qalarğı demokrasiyə. İndi bunu deyə bilirik ki, əslən demokrasi var ki, onun qalarğı üstün düşək, ya demokrasini cücərtmək lazımdır. Türkiyədə filizləndirmək deyirlər. Bunu filizləndirmək lazımdır. Kimlər düzəldiblər bu konferansı? Bərgüzar konandigan. Onlar ki, bunu düzəldirlər. Fəalan-ı cami-i mədəni Azərbaycan. Azərbaycan toplumunun, camiəsi toplum, mədəni çalışqanları. Mədəni nə deməkdir? Burada tərif eləyirlər. Mən bir ikisinə ki qulaq açdım. Orada məsələn mən birinin adını bilmədim. Məsələn kim idi danışırdı? Jalə xanım Təbrizlinin sözünə qulaq asmışam. Dedim Ayə Şərət Mədarinin sözünü qoyublar oradan. Məqaləsini oxuyublar, yəni oradan eşitdim. Bir nəfər də bir danışırdı. İndi burada adını görərəm, deyərəm kim idi. Həsən Əfraz olacaqdı. Bəli, Həsən Əfrazın da sözlərinə qulaq asmışam. Belə nəzərə gəlir. Hər kəsin özü orada demokrasini tərif eləyir. Çünki bizim demokrasidən İran içində bir dana müşəxəs qəbul olunmuş anlam yoxdur. Mənim şəxsi nəzərim İnsaf Əli Hidayətin tərifi demokrasidən millətin iradəsinə təslim olmaq. Demokrasi yəni bu. Əgər millətin iradəsinin qarşısında əlaməti sual qoysalar, o demokrasi dahi deyil. Bəli, Azərbaycan hara olur? Azərbaycan indi, o dedim, o bəhslərdən çox ciddidir. Yəni, indi bu federalistlərin də arasında bu bəhs ciddidir, istiqlal tələblərinin də arasında ciddidir, İranın da içində ciddidir, qanun əsasçilərdə də ciddidir. Bu ciddi bəhsidir ki, Azərbaycan haradır? Bu özü çox ciddi bəhsidir. Buna neçə dana tarix vardı ki, o tarixə, hangi tarixə istinad eləyək? Biri də deyir ki, indi ki vardı Azərbaycan üstündədir, biz bunlara deyək ki, onda olur Şərqi Azərbaycan, Qərbi Azərbaycan, bunlardan sonra obrislər Azərbaycan olmur. Çünki üstündə deyil. İran dövləti istədiyi budur. Bunun üçün də heç kiçildir.
Çünki Azərbaycan düşüncəsi məfhum. Çünki Azərbaycan dedim də bir düşüncədir. Eyni axıldakı bir torpaqdır, yəni bizim zehnimizdən qıraqdadır. Mənim zehnimdə Azərbaycan yoxdur. O eşikdədir. O Azərbaycan ki danışıq torpaq, o mənim zehnimdə deyil. Amma mənim Azərbaycandan da bir düşüncəm var. Deyəndə Azərbaycan bu iki dənə məna ola bilər. Ola Azərbaycanlılar harda yaşasalar ora Azərbaycandır. Onda məsələn İsfahanda Azərbaycan olar, Şirvan da Azərbaycan. Ya deyək ki, Azərbaycanlılar harda əksəriyyətdə olsalar ora Azərbaycandır. Onda yenə də məsələn Tehran, Kərət filan bunlar Azərbaycan olar. Qum Azərbaycan olar. Çox yerlər çünki məsələn Ərak Azərbaycandır. Bunu biz bilirik. Həmədan Azərbaycandır. İndi əksəriyyətə baxsaq görək onlarda dəyişilibdir ya yox, onu mən bilmirəm. İndilikdə bilmirəm çünki mən 22 ildir indi Azərbaycan torpaqlarından çıxmışam. Ona görə bilmirəm ki, nə olur, nə olmur. Ərz edeyim xidmətinizə, cami-i mədəni nə deməkdir? Mədəniyə şəhər. Buna görə deyirlər ki, modon və modon cəmidir. Mədinə də bunun şeyidir, müfrədidir. Bir dana şəhərə deyirlər Mədinə, 2 dana, 3 dana, 4 danaya deyirlər çox. Hər hansı olsa deyirlər modon. Mədəni, yəni mədəni olmuş, şəhərləşmiş. Yəni burada nə mənə? Məsələn, mən ki, kətdə yaşıram, demokrasini düşünürəm. Mən indi məsələn, mədəni olmamışam. Mən hələ kətdiyəm, məsələn. Əldə kətdə olmaq mən tərif eləmişəm. Mədəniyyət kətdən başlayır. Kət mədənidir. Çünki şəhər ki, bugün biz görürük, dostlar, 100 il bundan qabaq belə şəhər heç yerdə yoxdur. Heç yerdə belə bir şəhər yoxdur dünyada. Heç yerdə. 100 il bundan İrandan danışırıq. İranda 100 il bundan qabaq, Avropada 150-200 il bundan qabaq belə şəhərlər içində görürsünüz. Hətta 50 il bundan qabaq. Məsələn, Toronto 50 il bundan qabaq, məsələn, firz edin ki, 30 min nəfər, 40 min nəfər cəmiyyəti var, indi 6 milyon cəmiyyəti var. Təbii ki, bu şəhər o şəhər deyil də. İndi fikir edin ki, 100 il bundan qabaq Torontoda mən getdim, özüm gördüm. Torontoda o adamlar ki, mentality, beyinləri biraz dalı qalmışdı, gelişməmişdi. Onları, məsələn, 50 il bundan qabaqacan evlərdən alırdılar dövlət. Şəhridarı alırdı, aparırdı, bir dana bir yer düzəltmişdi şəhərdən 24 kilometr fasilədə. Bir dana tunel qazmışdılar. Tunel qazmışdılar, bunları aparırdılar, yığılır tunelə. Onlar orada özləri, qışda da burada çox soyuq olur, o zaman da çox soyuq olurmuş. Onlar özlərini orada durublar, otaq düzəldiblər yavaş-yavaş, o dəlilər. Səfihlər, bu dövlətin adınca dediklərimiz. Özləri orada özlərinə bağ düzəldiblər, yeməklərini içməklər üçün bunlara hesab vermirlər ki, onlar orada ölsünlər. Onlar özlərinə yavaş-yavaş orada imkanat düzəldiblər, olublar bir şey. Məsələn, Avropa belə idi, Amerika, Kanada belə idi. Fikir eləmin ki, çox dünya əcib dəyişibdir. Birinci Dünya Savaşından bu yüzden dünya başlayıbdır ciddi dəyişməyə. Ondan qabaq da biraz dəyişmişdi. Çünki beyinləri də dəyişdiriblər Birinci Dünya Savaşından bu yüzden. İndi mədəni nə deməkdir? Əvvəl gəlib bu tərif oluyor. Kim mədənidir, kim mədəni deyil. Acaba o adamlar ki, demokrasini qəbul eləmirlər, onlar mədənidirlər. Onlar ki, kətdədirlər, amma deyir, bizim kətdə məsələn, Pişəvəri dövründə bizim kətlərdə seçki olubdur. Seçki bizim kətlərdə. Və xanımlar səs gətiriblər, rəy gətiriblər. İndi tamam, burada kəndin nümayəndəsi xanımdır. 100 il sonra, 75 il sonra İranda koymurlar xanım məsələn geçsin rəis dadgah olsun, ya filan olsun, ya bəhman olsun. Amma o kətdə 75 il bundan qabaq məsələn o kətdə nümayəndəsi bir dənə xanımdır və düşüncəsi çox ciddi düşüncələri var. Hansısa mədənidir. O ki bu günləri 75 il sonra deyir mən demokrasini qəbul eləmirəm. Demokrasi o şeydir ki mən deyirəm. Yox, sən demirsən, demokrasini tərif eləyəcəksən. Deyəcəksən demokrasi nədir? Və deyəcəksən, bunun əsasında məndən rəftar edin, məndən danışın, məndən siyasətə girin. Sən demokrasini tərif elə, biz də onu. Mən İnsaf Əli Hidayət tərif elədim. İnsaf Əli Hidayətin tərifi nədir demokrasiden dostlar? Millətin iradəsini qəbul eləmək. Aleyküm salam, əziz və hörmətli dostlar. Ələsgər bəy və digər dostlar. Camiə toplumda, Azərbaycanda dedik da, indi bunun dedik ki, neçə mənası vardı, onu danışırdıq, söz sözü gətirdi, itirdik. Bir də budur ki, deyək, Azərbaycanın torpaqları o yerdir ki, əksəriyyət düşdü. Bir də deyək ki, hər yerdə ki, yaşırlar, bunlar düşdü. Bir də deyək, yox.
Azərbaycanlıların məsələn son siyasi durumu, siyasi xəritəsi. Siyasi xəritə baxarıq. Bir Pəhləvi dövrəsi var. Bir də Qacar dövrəsi var. Deyirik ki, hangi zamandan, baxın mən yavaş-yavaş tərif edirəm, istəyirəm elmi tərifi sizə göstərəcəm ki, nədir? Elmiləşdirirəm tərifi. Deyirik ki, baxaq görək hangi zamandan hökumət başlayıb da Azərbaycanı daha çox sürətlə Azərbaycansızlaşdırmağa, Azərbaycanın içindən çəkib də Azərbaycansızlaşdırıbdır. O zamandan biz dayandıraq bunu. Deyək ki, o zamandan bir siyasət ki, Azərbaycan düşmənlidir, Türk düşmənlidir. Gəl, əlbəttə Türk Azərbaycana girmir. İndi bunu yenə tərifdə gətirəcəyəm. Deyək ki, gətirək bura qoyaq. Mən bir dənə məqalə yazırdım. Orada birdən soruşdum ki, özümdən soruşdum ki, nədən fəqət Təbrizdə, Ərdəbildə, Qərbi Azərbaycanda, yəni bu üç ustandə niyə bizlərə Azəri deyirlər? Amma Zəncanda, Qəzvində, Həmədanda, Tehranda, Kərəcdə, Əraçda və o birisi şəhərlərdə türk deyirlər. Bunu o liderlər ki, gələcəklər, oradan da soruşacağıq. Soruları tərrah eləyəndə bunu gördüm ki, burada iki dana şey var. Calibdir, Qəzvin, Zəncan əslində özlərini Azəri bilmirlər, özlərini türk bilirlər. Və İranlılar da onlara türk deyirlər, farslar. Fəqət Azərbaycan torpaqlarını kiçildiblər və məsələn Qəzvin özünü Azərbaycan bilmir dahi. Bir iddəsi bilmir. Çünki çoxdan indi məsələn bir nəsil olar, onlar çıxıblar Azərbaycançılıqdan. Heç olmasa bir 30 il, 35 ildir bunlar Azərbaycançılıqdan çıxıblar. Özlərini siyasi olaraq Azərbaycanın içində görmürlər. Hər halda o da bir sualdır ki, zehnimə gəldi ki, bu İranda siyasət beləsidir. Bizlərə Azəriliyi qabılladıblar, amma onlara yox. Çünki istəyiblər onlara deyirlər ki, onların üstündə dinməyiblər. Azəri də dəyirsiniz, Türk də dəyirsiniz. Sizi yavaş-yavaş çox dəyişdirək. Ona görə onlar qalıblar. Qəşqaylar məsələn özlərini Azəri ya şey bilmir. Qəşqaylar türk bilirlər. Mən Qəşqay türkiyəm. Türkçəmənlər özlərini Azəri ya falan bilmir. O deyir mən türkçəmənəm. Tulcetdi. Fəqət bu Azərbaycanın üstündə, onu da Ərdəbilin də üstündən bu Azəri sözünü götürüblər, Azərbaycan sözünü götürüblər ki, Ərdəbillər də bir neçə ildən sonra, məsələn 2 nəsildən sonra, 2 nəsillər məsələn 50 il ya 45 il. 45 ildən sonra məsələn bunlar desinlər ki, biz Azərbaycan deyilik ki, biz Ərdəbilik. Azərbaycan sözü o zehnidən çıxsın yəni. Zehnidən çıxandan sonra kitablarda yazacaqlar, radio, televizyonda yazacaqlar Ərdəbil. Hamı deyəcək Ərdəbil özü bir ayrı torpaqdır, Azərbaycana bağlı deyil. Buna Azərbaycansızlaşdırmaq deyirik da, Azərbaycansızlaşdırmaq. Hər halda, indi bir də budur ki, Azərbaycan daha hara ola bilər? Azərbaycan Pəhləvi dövründən başlayıbdır sürətlə dəyişdirməyə. Tamam, bəs biz Pəhləvi dövrünü, Qacar dövrünü tutsaq, Qacar dövrünün nəqşələrinə baxaq, görək ki, haradır. Hətta Ərteşin timsallarından bir neçə cildlik bir kitab yazıblar. Gediblər çət-çət görüblər. Çət-çət burada nə danışırlar, hangi dildə danışırlar, hangi dillərdə danışırlar, hangi dinləri var, hangi məzhəbləri var. Bunları çıxadıblar. Bu da bizim kitabların arasında çox mərufdur. Türkçülər bunu çox bu kitabı oxurlar. Ərteşin böyükləri yazıblar bunu. Ərteş yazıbdır, şah zamanı yazıbdır. Müdafiq edirəm bunu Azərbaycanlı. Çünki o zaman Azərbaycanlı deyəndə belə olur. Qacardan sonra 2 dana postu, 2 dana idari postu, rəsmi postu türklərə qadağan elədilər. Qanun əsasında keçirdilər. Əgər Şah Məhəmməd Riza Şah tez ölsə və onun oğlu cıqqılı olsa, vəliəhd deyirdilər adına. Vəliəhd cıqqılı olsa, səğir olsa, şahlıq eləyə bilməsə, onun bir naibi, yəni onun yerinə fərman verən şahlıq eləyən əsli adam, o türk olmamalıdır. Bir də savaş ya sülh naziri, vəziri cəng türk olmamalıdır. Ondan sonra qalan şeylər, çünki hamı türk idi. O zaman həm İran adlanan torpaq türk torpağı idi. Əslən bu üçün tarixdə eşidirsə deyir ki, məsələn İran. Dostlar, bir dana iştibahı da bu bəzi dostlarımız deyirlər bunu. İran bir türklərə tohin eləmək sözü idi. Dörtgür Ziya Sədrül Əşrafinin buyurduqlarına görə bir dana Osmanlı şah
Səfəvilərə bir namə yazır və birinci dəfə İran sözün orada işlədir. Deyir ki, sən İran şahısan. İndi dostlar, diqqət buyurun. Əgər siz gəlsəz o namələr ki yazılıbdır, Osmanlı ilə Səfəvinin arasında onlara baxsaz, onların hamısında hədə-hərbə və cəng-rəvanidir. Bir-birinə ittiham vururlar, bir-birinin insanlığın, türklüğün azaldırlar ki, çünki ordu türkdür. Ordu həm türkdür, həm müsəlmandır. Türklə savaşmaq istəmir, müsəlmanla savaşmaq istəmir, türk müsəlmanla savaşmaq əslan istəmir. Hökumətlər nə etməlidirlər? İstəyirlər ki, savaşalar. Gərək bunları türklüğü və müsəlmanlığı ala. Bundan çıxacaq ya bax bu Türkiyəyi biz bunu öldürə bilirik. Rahat düşüncə necədə savaşa. Bu cəng-rəvanidə Osmanlı şahı Səfəvi şahın İranlığa müttəhəm edir. Yəni söyüş verir. Məsələn bir yerdə ona farsı yazır. Diqqət buyurun. Bilirsiniz, bu da ki bəzi dostlar bizim məsələn şahımız falan yerə türk dilində namə yazıbdır, o bizim rəsmi dilimizi göstərir. Dostlar, belə deyil. Rəsmi dil içəridə olar. Beynəlmiləl dil eşikdə olar. Beynəlmiləl dil nə deməkdir? Beynəlmiləl dil bu deməkdir ki, siz bir dənə məmləkətdə yazırsınız, onların dillərində yazırsınız. Bu odur. Əgər məsələn bizim dilimizdə yazırsan, yəni bu ki siz mütərcim gətirin. Ya bizim mütərzimimiz yoxdur sizin dildə. Bu o anlamdadır. Səfəvi dövründə dostlar, Səfəvilərə Osmanlı kağız yazır, göndərir, bunlara məktub yazır, kağız göndərir, deyir ki, sən şiəsən, sən məcusisən, sən İranlısan. Özü farsça yazır. Ki, yəni sənin dilin budur, sən türk deyilsən. Öz ordusuna deyir ki, baxın, onlara mən niyə belə yazıram? Çünki onlar müsəlman deyirlər, onlar məcusidirlər, onlar şiədilər, onlar sünnilərə tohin edirlər, Peyğəmbərin xanımısına tohin edirlər, Peyğəmbərin səhabəsinə tohin edirlər, filan bəhman, bunları deyirlər. Onlar İranlıdırlar, Türklər də İranlıları qəbul eləmirlər. Bilirsiniz? Oradan çıxır, cəng-rəvani, buna cəng-rəvani deyirlər da. Oradan nə edir? Gəlir, bunlar onlara yazında nə yazır? Səfəvi istəyir Osmanlıya kağız yazsın. Kağız yazında yazır ki, sən eləsən, sən beləsən, sən filansan, eləsən, beləsən. Deyir ki, türkcə yazır. Türkcə yazır. Deyir ki, mənim dilim türkcədir. Yəni mənim dilim türkcədir. Hüviyyətinə çalışır. İstir onların ordusuna desin, bax sizin şahınız yalan deyir. Mənim türkəm, türkü danışıram, sizə də türk yazıram. Diqqət buyurursunuz. İndi İran sözü orada söyüş sözüdür. Deyir ki, sən İranın şahısan, yəni ki, məsələn deyirəm, Durəstənovların şahısan. Mənası mənfidir. Orada o məmləkət adı deyil ki, deyək məmləkətin adı İrandır. Çünki onlar ki, deyirlər, məsələn, filan dövrədə İran, bu günləri bir məqalə oxurdum. Təbrizdə biri yazıbdı, Səfəvi dövründə İran. Səfəvi dövründə İran yoxdur kəslən. Bizim bax, tarixdə Səfəvi dövlətləri və Səfəvi torpaqları var. Qacar dövlətləri Qacar, Nadir dövləti Nadir torpağı. Şey yoxdur, İran yoxdur. İran yavaş-yavaş sonralar gəlir, girir framasonların əli ilə burada olur, siyasi bir ədəbiyyata girir. O ayrı, o başqa bir şey. Bunun üstündə çox danışmırıq, bunu geçək. Düşmənlər də o zaman ki gördülər, tamam bunlar İran deyəndə onlar bir şey olur, Türk dünyasından ayırmaq olur. Düşmən də gəldi, bunun üstündə işlədi, bunu elədi İran adını, getdi, qoydu bizim kəlləmizə, biz də soxdu farsların əlinin altında şey elədi. Müstəmirə, işğal olunmuş müstəmir elədi. Tamam, bunu da fikirlən, biraz da bunu dedik ki, nə oldu? Aha, Azərbaycanın torpaqları bir oradır. Bir də bu ki, ya, Səfəvi dövləti, Türk dövlətidir, Azərbaycan dövlətidir, tərif edilir. Azərbaycan torpaqları dediyimiz yer Səfəvi dövlətinin xəritəsidir. Bu böyük bir iddiadır, təbii ki, çox böyük iddiadır. Amma zorunuz çatar, çatmaz ona görə. Siz o zaman bir dana torpağı bir ideoloji olaraq saxlarsınız. Deyirsiniz ki, mən bunu insanlarımın beynində hüviyyət, milli hüviyyət olaraq saxlayacağam. Bir gün millətin güclənəcək, bu torpaqları əlinə keçirdəcək. Bu çox gözəl bir şeydir. Bunda müşkülüm yoxdur. Amma bir də var deyəsən ki, Səfəvi dövlətinin torpaqlarının hamısı Azərbaycan torpağıdır. Bugünkü Türkiyənin birazını alacağıq. Gedəcəyik buradan Pakistan, Əfqanistan gedəcəyik üstdən. Məsələn,
Gedəcəyik oradakı üstə türk torpaqlardan, gələcəyik Rusiyanın da birazını alacağıq, gələcəyik aşağıdan, gedəcəyik Gürcüstana, Gürcüstandan gələcəyik Türkiyəyə çıxacağıq. Oradan da dənizlər, dənizdə də bizim yerimiz var. Burada da məsələn Xəzər dedikləri yerin təqribən hamısı bizimdir. Xəzər dənizi. Belə bir şey yoxdur. Yəni bu belə bir vaqiiyyət bugünkü dünyada yoxdur. Olmaz da. Gələn 200 ildə olmaz. Gələn 300 ildə, hətta 400 ildə olmaz. Çünki gələn 200 ildə, hətta 200 il deyək, gələn 200 ildə yer üzündə, yer kürəsi üzündə olan indi 200 dövlət vardı, 600-ə çıxacaqdı. Bəlkə də çoxa. Gələn 200 ildə. Çünki internet və internetdən sonra gələn communication, irtibat, ilgi quran sistemlər insanları daha çox bir-birinə yaxınladacaqdır. İnsanlar hüviyyətlərinə daha çox ağah olacaqlar, biləcəklər, hüviyyətlərinin alim olacaqlar, hüviyyətlərinə alim olandan sonra nə edəcəklər? Deyəcəklər ki, biz istəyirik sizlə birləşək, dövlətimizi quraq. Bir-birlərinə birləşəcəklər, dövlət quracaqlar. Mümkündür ki, o məqtədə əslində dünyada ordu olmasın. Mümkündür. Əgər insanlıq 3-cü Dünya Savaşına girsə və atom bombası istifadə eləsələr, insanlıq ondan sonra ordu ilə müxalifətə girəcəkdir. Ordu olmayacaqdır. Mən belə düşüncəm var. Yəni 2-ci Dünya Savaşına bu isə təvazun müsbət, təvazun mənfidə danışırdılar. Deyirlər ki, güclər bir-birlərinə zorları çatmasa, savaş çıxmaz. Güclər müsavi olsalar, bir-birlərinə zorları çatmasa, savaş çıxmaz. Buna təvazun deyirlər. İndi, əgər burada gələrlər, bir-birlərini vurarlar, məhv eləyələr, indiyəcən qabaqcan da deyirlər ki, hər kəsin zoru çoxdur, odur da, indi də elə odur. Müsabiqə idi ki, adını deyirlər müsabiqə təslihatı da, silah düzəltmə, silahlanma müsabiqəsində hər kəsin çox silahı olsaydı, onun gücü ola bilərdi, o biriləri yıxa. Bu siyasət 1-ci Dünya Savaşından qabaqdan başlandı, 2-ci Dünya Savaşında yetişdi bura ki, biz gərək təvazun gətirək ta savaş düşməyək. Elə ki, təvazundan, əgər 3-cü Dünya Savaşı düşsə və atom bombalarından istifadə eləsələr insanlığı qırmaq üçün, insanlıq salim qalsa ki, dəyişilər, nəsli, genizadı, hər şey, DNA'zadı dəyişilər, yəni salim qalmaq imkanı, məsələn, 1-2 nəfər göy kürəsində onlar salim qala bilərlər, DNA'ləri dəyişməz, ondan sonra o birisilərin hamısı ya ölər, ya da DNA'ləri dəyişər. Yəni, bir ayrı bir insan nəsli gələr yer kürəsinə. Amma onlar hər halda silahlanmaqla müxalif olarlar. Daha onlar deyirlər, biz əslən silahlı güc istəmirik. İnsanların iradəsi demokratik iradəyə boyun əyərlər. İnsanların iradəsi var. 10 nəfər istəyir öz torpağında müstəqil olsun, geçsin öz torpağında müstəqil olsun. Al verin bizlə gəlsin, eləsin, işini alsın filan. Orada bayrağını assın, siyasi dövlətin qursun, pasport versin məsələn. Pasport da lazım deyil. Ondan sonra deyəcəklər, mərz də lazım deyil, tamam. Məncə gələn 200 ildən o üzə beləsi bir sistemə keçəcəyik. Amma dövlət çox olacaq. Dövlət-millət sistemi çox olacaq. Umarım ki, bomba-atom savaşı düşməz. Çünki onda insanlıq təqribən qutarar. Təqribən qutarar ya da ki, insanlığın formatı dəyişər. Yəni biz şimdi belə görürsünüz, 2 əlimiz var, 2 ayağımız var, 2 gözümüz var, bir burnumuz var, 2 dəliylə, 2 dodağımız var, 2 qulağımız var. Bir onu görərsiniz ki, başımızda tüy yerinə qulaq bitibdir məsələn. Məsələn, üzümüz tamam burundur. Yəni burada məsələn burunlar səhvindən düzülübdür. Adamlar gedirlər əməl edirlər ki, neçədən burunumuz olsun məsələn. Bunları necə eləyək, aşağı yuxarı olmasın, bir ədəfdə olsun. Məsələn, diş kimi qoyurlar. Fərz eləyin ki, məsələn, burada qaşlar məsələn 4-5 dana çıxa gələ buradan məsələn, burada da baş tas olan məsələn. Genetikimiz belə dəyişər. Orada da hamısı qulaq olan məsələn. Bu cür şey. Belə bir əcib sistemə düşər. İnsanın genetiki dəyişər. Hər halda belə bir şey olur. Bu da mənim təxəyyülümdür əlbəttə də. Bunları şey eləməyin. Ciddi, inşallah ki, ciddi olmaz. Mədəniyyət dedik nədir? Mədəniyyət insanların bir yerdə yaşayıb, bir-birlərinə hörmət qoyaraq, bir-birinin mənafi əsasında, bir-birindən mənfəət götürmək əsasında qurulan bir topluma deyirik nə mənə? Mən deyirəm, mənim tərifim budur. Mədəni toplum. Bir yerə yığışırlar, bir-birlərindən fayda götürürlər, bir-birlərinə hörmət qoyaraq,
hörmət qoyaraq, haqq demirəm də burada, görürsünüz, hürmət. Hürmət qoyaraq bir-birlərinə, zor deməyərək, zor demirlər bir-birlərinə, toplanırlar bir-birlərinə, mənfəət götürməyə çalışırlar. Buna deyirlər mədəniyyət. İndi kətdə mədənidir, obada mədənidir, filan da mədənidir. Şəhərdə ki, adamlar bir-birlərini öldürürlər, yeyirlər, istismar edirlər, bu mədəni deyil. Məncə mədəni deyil. İstismar toplumudur. Çünki mənim əgər haqqıma bir yerdə hürmət qoyulmur, adam gəlib burada daimən indi yazı yazır, bu adam mədəni adam deyil, bu adam vəhşi bir adamdır. Əlbəttə vəhşi deyəndə heyvanlara tohin olur. Mən bunu Oğuz bəylə də danışında bir baləcə işarə elədim. O bəhslərdə eləyə bilmirik bunları açaq. Baxın dostlar, heyvanların gözəl qanunları var. Əslən meşə qanunu ki deyirlər, qanuni cəngəl farsça, dünyanın ən gözəl qanunudur. Baxın, siz gedin müstənəd filmlərə, dokumentlərə baxın. Görürsünüz ki, bir dana şer acdır, bir dana pələk acdır, bir dana filan acdır. Gedir məsələn həmlə eləyir, bir dana mərizi, qocanı tutur yeyir. Elə ki onu tutdu, qaçan heyvanların hamısı şıp durur bir saniyənin içində. Baxın filmlərə baxın. Elə ki o şer, o pələk, o quruh bir dana bir heyvanı tutdular. Hər nə heyvan olur olsun, quş olsun, heyvan olsun, tutdular. O birisilər ki, hamısı canının dərdindən, canları qoymuşlar dişlərinə, hamısı dik durur. Niyə deyirlər ki, da bu onun bizlə işi yoxdur. Da bunlar bunu yiyəcəklər. Bu da tutuldu, bu öləcək. Biz də canımızı qaşmaq ehtiyacı. Gəlirlər onun dövrəsində dolanırlar. İşi yoxdur. Əsla və əbədə onların işi. Çünki deyir, mən ac olmasam misli yemərəm. İnsandır ki, deyir, mən ac olmasam da gərək pəsəndaz eləyəm. Gərək sərmayəmi çoxaldam. Bunun üçün adamları öldürür, evinə düşür, oğurluq eləyir, namusuna təcavüz edir, özünü öldürür, uşaqlarını öldürür. Gedir, məsələn, silah alır, silahla durur, adamları öldürür. Bu fəqət insanda var. İnsanda ki var, deyir, bu torpaq məni görməz, o torpağı da istəyirəm. Nəyə? Axı, məsələn, sən nə edirsən buraları? Yox, mən istəyirəm da, istəyirəm orada mənim olsun. Hakimiyyətlərdə də belə olubdur. Yəni, insan toplumu ən yırtıcı, heç heyvan yaxcəl düzətməyib ki, ətləri yığı orada saxlayır. Təhcə heyvan ki, yaxcəl düzəldibdir, heyvanları öldürür, orada saxlayır, insan heyvanıdır. Gələk, hər halda, buradan gəldik bu seminarın şeyidir. Görək kimlər burada danışırlar. Bu danışanlar kimlərdir? Əvvəl bunların kimliklarına, hüviyyətlərinə, adlarının üzü ilə tanıdığımız haqda. Mən bunları bəlkə hamısını tanımadım. Tanıdığımız haqda görək kimdirlər. Bir dana işçi burada gördüm, gözəl bir şey. Birinci dəfə İran tarixində mən görürəm, həm də ziyalılar tarixində görürəm, həm də savadlılar tarixində görürəm, həm də mütəxəssislər tarixində görürəm, bu seminardadır. Bundan qabaqcan hər yerdə insanları gəlirlər ki, mühəndis, Həsən, nə bilim, filan, bulursa. İndi nə deyirlər? Deyir ki, hamının işi qalsın evində. Bizim işlərinin işimiz yoxdur. Sən döktürsən, sən mühəndissən, sən də hüquqdansan, sən də camişünassan. Hamının, bu da iqtisadçıdır, hamının işi qalsın evində. Biz gəlirik neyniyək? Danışaq. Düşüncə. Hamımız bir səviyyədə. Çünki heç birimizin, məsələn, təxəssüsümüz demokrasidə deyil. Hamımız demokrasidə o qədər savadsızıq ki, məsələn, atomda, məsələn, göylərdə, məsələn, dənizin dibində, uqyanusun dibində nə qədər bilgimiz vardı, hamımızın o qədər də məsələn demokrasidən bilgimiz vardı. Tamam. Hamımız bir səviyyədir. Bəs ehtiyacı yoxdur. Burada deyək ki, sən döktür deyəndə elə bir şey o məndən çox bilir. Yox, bilmir ki, xeyr. O da siyasəti məncən bilir, mən də oncan bilirəm. Bizim kətdə Məmməd Qulu da o qədər siyasəti bilir ki, döktür. Məsələn, İranın rəis cumhuru ilə rəhbəri o qədər siyasəti bilir ki, məsələn, bizim kətdə Rəhmanəli bilir. Rəhmanəli nə qədər siyasət bilir ki, İranın rəis cumhuru da hətta bir dənə o gəlmişdi keçən seçkilərdə bir adam 5 kilo savadı vardı. Onun savadı, siyasi savadı İranın rəis cumhurundan çoxdur. Tamam. Həsən şəriət mədarı, mühəndisliğini götürüblər. Bu çox gözəl bir addımdır. İnsanları bir-birinə yaxınlaşdırmaq, bir-birinin savadı ilə, təhsili ilə, təxəssüsü ilə işimiz yoxdur. Şirin İbadi
Çünki onlara ağa qoymayıblar, buna da xanım qoymayıblar. Bu da gözəldir. Çünki bizim kültürlərdə, bu İranda yaşayan millətlərin kültürlərində adlar bəllidir üst-üstə. %90 bəllidir. Məsələn, bəzi adlar həm xanımdır, həm ağadır, amma normalda bəllidir. Rıza Muridi türkdür. Həsən Şərif Mədari, Ayətullah Şərif Mədarinin oğludur, türkdür. Şirin xanım İbadi Zəncanda da iştibahi ilə məsələn türkdür. Rıza Muridi Urmiyəlidir, türkdür, Kanadada olur, vəzir olubdur. Əli Rıza Ərdəbili Tribun saytının məsulidir. Qabaqcında bir dənə partiləri var idi. O partinin üstdəki əzalarından idi, türkdür. Jalə xanım Təbrizi, bu da türkdür, Təbrizlidir, adından bəllidir. Ərş Cəmiyyətinin başqanıdır, Hüquqi Bəşər Təşkilatıdır, Sazman Əməli. Seyyid Ziya Sədrül Əşrafi, bu da türkdür, Təbrizlidir, onu da bilirik. Məhəmməd Hüseyn Yəhyai, türkdür, Təbrizlidir, mənim çox hörmətli qoyduğum insanlardır, bunların hamısı deyə bilirəm. Həsən Əfraz, bilmirəm haralıdır, türkdür, türk danışırdı. Qəşəngcə türk danışırdı. Kürdü də elə bir vəsətdə danışır, amma bilmirəm kamil nədir. Nigar Qolkar, bilmirəm kimdir, nə karədir. Çox gənc bir xanımdır. Rıza Talibi türkdür. Tanıram. Bu mən birinci dəfə ki soyqırım haqqında eşitdim. Bu Güney Azərbaycanda Birinci Dünya Savaşından sonra ermənilər bunun kitabından eşitdim. Özü ilə də bir uzun müsahibə apardım, amma Ümid Əqdəmi tanımıram biləsin. Hər halda türk olacaqdır. Səhra Həqqaqpur. Həqqaqpurlar ailəsi bərlidir. Ehtimalə Həqqaqpurun xanımısıdır, ya bacısıdır. Beləsi bir şey gördüm. Yunis Şamili. Bəyim mən dedim, özür istəyirəm. Yunis Şamili bir dənə Azərbaycanlı siyasi partinin müşaviridir. Mərkəzi Komitəsinin müşaviridir. Ərz edeyim ki, Sina Yusifi. Bu da düşüncə sahibidir, tanıram azdan çoxdan. Yunis Leysi, bu da türkdür. Əgər iştibah eləməsəm Təbrizlidir. Torontoda gəlib yaşır. Azərbaycan məsələsində xüsusən adları haqqında təhqiqata giribdir, bir təhqiqat edir. Umay Radmer, bu da Radmerin fikrim xanımısıdır. Əgər iştibah eləməsəm, Əcib də bu son zamanlarda bir söz deyibdir. Çox bunu da yayırlar, məndən də soruşurlar, amma mən insanların düşüncələri haqqında çox daha şey eləmirəm. Amma indi burada bu dostların mən çoxunun sözünü eşitməmişəm. Bilmirəm ki, nə danışıblar, mədəniyyəti nə məni eləyiblər, çalışqanı ya fəalı nə məni eləyiblər, caməni nə məni eləyiblər, mədəniyyəti nə məni eləyiblər, Azərbaycanı nə məni eləyiblər. Çünki bunların hərəsinin dana-dana mənası olmalıdır. Siz bunları tərif eləməsəz, danışa bilməzsiniz. Həsən Şərif Mədari federalistdir. Gözəl də bir yazı yazıbdır. Mən sevdim. Mən Cənab Şərif Mədari, buna görə bunun tərsinə ki, dostlarımız bəzən yaman yoğuz da deyirlər, müttəhəm edirlər. Şərif Mədari federalistdir. Federalizmə görə də müttəhəmdir ki, federalizmi qomiyə müttəhəm ediblər farslar, federalçılar. Fars federalçılar əgər varsa, bunu federalizmi qomiyə, çünki farslar mötəqilər, İranda millət yoxdur. Bir millət var, o da İran millətidir. O millətin də millətlik əlaməti fars dili və İranı qəbul eləməkdir. Ya qanun əsasını, ya şahı, ya Xumeynini qəbul eləməkdir. İranın bütövlüyünü qəbul eləməkdir. Şərif Mədari cənabları bir dənə federalizm nəqşəsi çəkibdir. Dostlar istəsələr axtarıb tapa bilərlər. O federalizm nəqşəsində məsələn, indi yadımda deyil, ona görə deyirəm. Məsələn, çünki dostlar gedib görə bilərlər. Mən də mütəəssifانه baxmamışam, çıxartmamışam. Çaş nəqşəni çıxardıydım, dəqiq danışıyorduk. Fikir edirəm, İranda olan torpaqları 7 yerə bölübdür. 7 dana millətin arasında bölübdür. Deyib ki, mən milləti mötəqidəm, qovma yox. Millətlərin də tarixi nəqşələrindən, məsələn, filan nəqşə daha düzdür, daha düzdür, daha düzdür. Gətirib, məsələn, Azərbaycan bir nəqşə yaradıbdır, ərəblərə bir, məsələn, bəluçlara bir, bəxtiyarilərə bir, məsələn deyirəm ki, İranlılara bir, türkəmənlərə bir, Qəşqailərə də bir. Qəşqailər xudmuxtardır, o birislər federal dövlətin dövlətləridirlər. Bilmirəm fərqi nədir, o, mən Döktür Şərif Mədari cənablarının beynində
ya yazılarında oxumamışam. Oxumadığım üçün deyirəm ki, xudmuxtarla federal dövlətin fərqi nədir? Amma Qəşqailər, məsələn, orada Qəşqai yurdu müstəqillidir. Azərbaycan bilmirəm haracandır. Çünki dedim, bunu çox girişməmişəm. Çünki federalist olmadığım üçün buna girişməmişəm ki, harada. Mən istiqlalçı olduğum, federalist olduğum dövrədə yazsaydı, hətmən çox incələrdim, çox girərdim buna. Amma hər halda bu bir dana nəqşə götürüb da özünə. Deyib ki, bu torpaqlar məsələn Türk torpağıdır. Baxaq görək haracan Türk torpağıdır, haracan Türk torpağıdır. Onlara baxa bilirik, danışa bilirik, nəqd eləyə bilirik, eləyə bilmirik. Əlbəttə çoxdandır bunu nəqd eləyirlər. Bu nəqşəni, Həsən Şərəfin dövrü. Tamam, o birisləri də eşitməmişik, onları götürək. Məsələn, dedim Şərəf Mədarinin məqaləsi çox gözəldir. Oxumalıdır. Oxumalıdır. Mən sevdim. Düşüncə olaraq. Çünki orada çox düşüncə səthində danışır. Çox gözəl danışır. Yazıbdır. O birislərini eşitməmişəm. Bu Həsənə Əfraz ehtimalən %99 mən bu adamın sözlərini eşitdim. Canlı ya videosunu eşitdim. Birini eşitdim. Xanım şey də qəşəng danışıbdı. Jalə Təbrizini də eşitdim. Özünün səsini eşitdim. O da Calib danışıbdı. Çox şeyləri tərif edibdi. Vəziyyəti tərif edibdi. Gözəl də təklifləri var, pişnahadlar var. Amma bu Həsənə Əfraz çox gözəl danışır. Türk də olsa gözəl danışır, Kürd də olsa gözəl danışır, Farsça danışır və orada gəlir çox şeyləri tərifə qoyur ya sual altına qoyur. İranın bütünlüyün, insanların istiqlal istəklərin, zotların söz gətirir, danışır. 10 dəqiqə də hərəsinin vaxtı diqqət edin ki, 10 dəqiqəyə siz nə qədər danışa bilərsiniz. Üstə hər dəqiqədə əgər mənim kimi danışsaz 30 kəlmə danışarsınız. Əgər biraz hızlı danışsaz ki olmaz, məsələn 40 dana, 45 dana danışarsınız. Elə 450 kəlmə. O halda ki məsələn 10 dəqiqə 450 kəlmə danışa bilərsiniz. Həsən Şərəf Mədarinin məqaləsi hüdudən 15 dəqiqə çəkir, ya 13 dəqiqə çəkir. Yadımda deyil. Yəni hüdudən məsələn deyək ki farscadır. Mümkündür məsələn 500-600 kəlmə, 700 kəlmə bu qədər olsun. Yəni çox uzun deyil. İndi mən Şirin xanım İbadi gəlməyibdi seminara. Yəni dəvət olubdu, insanlar gəliblər, çox da bunun nəqd eləyiblər bu nəqdlərə, dostların nəqdləri ilə də işim yoxdur. Çünki bəzi şeyləri nəqdə ehtiyac görmürəm mən. Amma indi xanım Şirin xanım İbadinin ora gəlməməyinə bir dənə məktub yazıbdı. Ki, beləsidir, xülasəsi budur. Yazıbdı ki, mən Avropadan keçirdim Ləndənə. Allah lənət eləsin, lənət olsun İngilistanın Brexitdən çıxmağına, Avropadan, Birlik Avropadan çıxıbdı, gedibdi onu çıxadana filan bəhman. Bir saat fərq olubdu, o bir saatı mən yadımdan çıxartmışam, yorulmuşam, getmişəm, yadımdan çıxıb gəlməmişəm, məni bağışlayın. Tamam, bu bunun sözüdür, xülasəsi budur. Mən də bir dana belə bir şey yazdım o sözün altında. Farsça yazdım. Ba salam və ehtiram. Mən İnsaf Əli Hidayət به شخص احترام زیادی برای خانم شیرین عبادی و فعالیت‌های سیاسی حقوقی ایشان قائل هستم. Mən bu xanımın özünə, işlərinə, siyasi, hüquqi işlərinə hörmətim çoxdur. Bu doğrudan deyirəm. Bunu tarif üçün yazmamışam. Ama umudum vardı ki, امیدوار بودم که خانم عبادی به جای پوزش از برگزار کنندگان سمینار سیاسی و دموکراسی خواهانه آذربایجانی های Türk sözü mən burada gətirirəm. Bu mənim ideolojim daxil. Mənim ideolojimdə Türk sözü var. Azərbaycanlılar Türkdürlər. Bunu mən oraya getirdim. Onlar Azəri, Azərbaycan, Türk adında bəhslərini dedim, oraya işarə etmişdim. متن سخنان و مقاله خودشان را برای آن سمینار را منتشر کنند. من burada istemişəm ki تا ثابت بشه که فراموشی یک ساعته فرق میان لندن با دیگر کشورهای اروپایی بهانه‌ای برای عدم شرکت در آن نبوده است. من də burada demişəm ki, xanım Şiray əvəzin ki üzr istəyə, gəlsin desin ki, mən bu məqaləni yazmışdım, gələcək adam orada oxuyam ya orada oxuyacaqdım, siz bizim online. Amma yadımdan çıxdığı üçün oxumamışam, göndərirəm, yayıram.
Bu bunu göstərsin ki, xanım Şirin İbadi hazırlığı var idi, yazmışdı. İstəmirdi onları təhrim eləyə, onlarla oynamayıbdı, onları toğlamayıbdı ki, mən gələcəyəm özünə tərəfdar yıxsın. Çünki bu da bir şeydir da, yəni biləxərə bir dənə böyük bir cəmiyyət, hamısı yuxarı yüksək savadlı, siyasi düşüncə sahibi dəvət ediblər, qəbul eləyibsən. Niyə? Ki burada məsələn sənin məhbubiyyətin Azərbaycanlıların içində qalsın. Tamam. İndi niyə gəlməmsən? Vaxtım yadımdan çıxıbdı. Saat bu cür fərqli olmuş. O bir saatda da mənə ki vaxt vermişdi. O vaxt keçibdi də ondan sonra da gəlmədim. Bağışlayın. Amma deyir ki, mənə yazın ki var idi, o yazı oxu da. Yazı qoy ki, ya elə indi səslə oxu qoy ki, ya da müntəşir elə denən ki, çox bağışlayın. Mən bunu yazmışdım, orada oxuyam, olmadı. Üzr istəyirəm. Bunu seminarın, məqalələrin arasında qoyun yayın. این در حالی است که بسیاری از دوستان و همشهری‌های خود باور ایشان burada bir kəlmə işləmişdim. O kəlmələrini düz oxuyayım. این در حالی است که بسیاری از دوستان و همشهری‌های خود باور şey arasında, cümle arasında خود باور خود باور ایشان o söz mühümüdür. خانم شیرین عبادی را متهم به از خود بیگانگی و به دوباره bir ayrı اتهام از خودهراسی هویتی فرهنگی متهم میکنند. Bəs biri də burada da yazıram ki, xanım Şirin İbadinin öz həmşəhrilərindən bir çoxu türklər, Azərbaycanlılar, Zəncanlılar, hər yer, Qəzvinlilər, hər yerlər. Ki özlərinə inanırlar, xudbavər, özlərinə inanırlar. Yəni ilyanasyondan çıxıblar, ilyanasyon mərhələsini keçirdiblər, özlərinə qayıdıblar. Özlərini düşünürlər. Mən türkəm, mən Azərbaycanlıyam, mənim bu iradəm olduğu əsasında bu hüquqlarım var. Mən özüm iradə elirəm, bu iradəm mənim hüququmu yaradır. İradə hüquq yaradır. Xudbavər, özlərinə inanıblar. Bunlar xanım İbadini müttəhəm eliblər nəyə? İki şeyə. Az xod biganeci, özü özündən çıxıbdır, özü özünü itiribdir, özün özü danır, özü özünü inkar edir. İlyonasyon olubdur, beyni yıxanıbdır. İkinci ittiham nədir? Az xodhərasiyə fərhəngi, hüviyyəti, özünün hüviyyətindən və fərhəngindən qorxur. Yəni qorxur deyə ki, mən türkəm, qorxur deyə ki, mən Azərbaycanlıyam, qorxur deyə ki, mən Zəncanlıyam. Bu iki ittiham vardı bizim millətimizin içində. Bu ittiham elə bu son zamanda da vurulubdu. Bu cələsidən bu üzə, hətta qabaqdan başlanıb bunu vururlar yenə. Bu xanım ilyonasyondur, bu xanım türk deyil, bu xanım farsdır, bu xanım farslaşıbdır filan. Bunların hamısının mənası bu iki kəlmədədir. Dostlarımızdan bir ikisi bəli, o gördüm, o soyqırıma aid getmişdi, o yazını dostlar da yazıblar, gördüm. Ki, xanım Şirin İbadi gedib Ermənistana, ermənilərlə bir yerə toplanıb, belə bir şeylər deyirlər, gedibdir də elə bir. Amma hər halda ermənilərin məsələn bu şeyin məsələsində İran düşüncəlidir. Yəni, baxın, xanım Şirin İbadi İran mərkəzli düşüncə sahibidir. Yəni, bunu zehninizdə alın, istiqlalçı deyil, Azərbaycançı deyil, millətçi deyil. Demokrasini dedim, İran çərçivəsində düşünür, İran çərçivəsindən eşikdə düşünmür. Əlbəttə, xanım Şirin İbadi bir dana müsahibəsində deyibdi ki, əgər bir millət İranda istəyə, qovm deyibdi, əgər iştibah eləməsəm, əgər iştibah eləməsəm, qovm deyib. Fikir millətdə şək elədim, bəlkə millət deyibdi. Deyib, əgər istəsə İrandan ayrılsın, onların haqqılarıdır. Bu da çox yüksək səviyyədə xanım Şirin İbadidən demokrasiyə uyğun düşüncədir. Yəni, xanım Şirin İbadidən belə düşüncələr bəlkilir o. Mən özüm şəxsən intizarım budur ki, xanım Şirin İbadi demokrasi məsələsində və hüquqi bəşər məsələsində alternativ hüquq yaratsın. Mövcud hüquqların çərçivəsində zindana düşmək. Hüquqlar buna görə yaranıblar, dostlar. Qabaqdan hüquq yox idi. İradə şeydir, millətlər bu hüququ gətiriblər, yaradıblar. Yəni, dövlətlər əslində deyək, dövlətlər yaradıblar. Sındırmaqdan ötürü. Çünki bu qabaqdan yox idi, yaradıblar. İndi siz bunu sındırıb yenisini yazacaqsınız. Bunun üçün xanım Şirin İbadi və digər vəkillər çalışmalıdırlar ki,
Bu hüquqlar ki vardı indi insanların, millətlərin, toplumların əlinə yağın bağlır, haqqın, azadlığın, demokrasisinin, hüququn iradəsini əllərindən alır, iradəsiz insana çevrilir, iradəsiz topluma çevirir. Fərq eləməz. Siz bir dənə xanımı, qadını evdə iradəsini alın, erkəyinə, ərinə, qardaşına, dədəsinə, nənəsinə təslim olsun. Yayın ki, bir toplumun əlindən iradəsini alın. İkisi də bir şeydir. İradəsizləşdirmək insanları və millətləri ən böyük cinayətdir və demokrasinin ziddidir. Mən xanım Şirin Nibadidən istərdim ki, bu məsələdə alternativ düşüncə yaratsın, hüquq yaratsın, hüquq sistemi yaratmağa çalışsın. Çünki bu mükafat ki alıbdı Nobeldən, bu mükafatı buna görə almayıb ki, İranda olan hüquq və sistemə vəfadar qalsın. Buna görə alıbdı ki, bu xanımda bu cəsarəti görüblər, bu xanım eləyə bilər, taza bir hüquqlar yarada, insanlığı bir addım fikir olaraq heç olmasa qabağa apara. Umarım ki, xanım Şirin Nibadi populist olmaya. Bunu da deyirəm. ایشان در نزد افکاری عمومی ترک ها متهم هستند که از هویت ترکی خود هراسان هستند. Xanım Şirin Nibadi Türklərin yanında belə inancı vardı ki, xanım Şirin Nibadi türklüğündən utanır, qorxur. Qorxur. Niyə? Çünki İranda türklük demək bir şeydir, aşağılıqdır. Mən türkəm demək bir aşağılıq kimi görünürdü. O fərhəngidə qalıbdı ki, yəni mən desəm mən türkəm, məsələn, onlardan ayrıram, İrandan ayrılaram, İranlılar məndən himayət eləməz. Döktür Muridinin də bu müşkülü var məncə. Məncə Döktür Muridinin də bu müşkülü var, çünki İranlıların rəyi ilə istir ki, İranlılar deyəndə mən İranlıyam, yəni həm ərəb, həm kürd, həm bəluç, həm fars, həm lor, həm giləş, həm mazər, həm qəşqai, hamının rəyini bu Torontoda alsın, məclisə geçsin. Buna görə ki, desə mən Azərbaycanlıyam, farslar, ərəblər, mümkünlü, kürdlər, bəluçlar rəy verməyələr, ona görə onu demir. Bu siyasi baxımdan o mövzei tutubdur. Yəni onu mən dərk edirəm ki, onun siyasi anlamı var Döktür Muridi üçün. Amma bilir o da ki, Döktür Muridi Azərbaycan dərnəyinin quranların, qurucularının əsli ünsürlərindən imiş 20 il bundan qabaq. 25 il bundan qabaq. Torontoda bir dənə cəmiyyət qurulubdur. Azərbaycan cəmiyyəti, ya adı kamil yadımda deyil. Azərbaycan cəmiyyəti bir cəmiyyət qurulubdur. Məsələn, bəzi cələsələrində bunların 300 nəfər adam gedirmiş. Yəni kiçik bir cələsəyə 300 nəfər adam gedirmiş. Çox böyük bir hərəkət imiş, illər boyu da işləyibdi. Sonra yavaş-yavaş istiqlal, federal, İran, İrançılıq bəhsləri ortaya giribdi, dağılıbdı cəmiyyət. Amma onun qurucularından biri Döktür Murididir. Amma o zaman qəsdi yox imiş ki, siyasətə girsin. Siyasətə girəndən sonra ki, burada getdi, bir dana hizbə girdi. Liberal hizbinə iştibah eləməsəm girdi, Kanadanın liberal hizbinə girdi. Oradan da getdi məclisə, oradan getdi dövlətdə 2 dana vəzirin, 2 dana Ontario dövlətinin 2 vizarətxanasının vəziri oldu. O zamanlar da millətin rəyinə ehtiyacı vardı, dövlətə getsin, məclisə getsin. O zamanlar İrançılıq eləməyə məcburlaşdı. Realizmi siyasi deyək buna. Yəni baxdı gördü ki, çevrə budur. Hə, dostlar deyə bilərlər ki, bu İrançılıq eləməyəydi də məclisə getməyidilər. İnsanların şəxsi qərarların, şəxsləri verirlər. Bir də bu ki, bir Azərbaycanlının orada olması, dövlətdə olması Azərbaycanın mənafi üçün ola bilər. Bu şərtlə ki, Azərbaycanlılar da bu fürsətdən tohinə yox, təhqirə yox, savaşmağa yox, yaxınlaşıb o vizarətxanada postlara getməyə çalışırdılar. Yəni əvəzin ki, məsələn, nəqd eləyələr Döktür Muridini ki, sən niyə vizarəti amuzişi ali və məsələn danışqahlar filanları almısan əlivə, onun vəziri olmuşsan, əvəzin ki, gedirlər deyəcək, mənim bu təxəssüsüm var, mən qoy burada dərs deyim. Mənim bu təxəssüsüm var, qoy mən burada işləyim. Mənim bu təxəssüsüm, məsələn, bilirəm ki, farslar yaxınlaşdılar Döktür Muridiyə, şeyə girdilər, vizarətxanaya, çoxlu farslar girdilər vizarətxanaya. 2 dana vizarətxana, bir də teknoloji, ixtiraat, iktişafat vizarətxanasının da məsul idi, yəni vəziri idi, girdi ora. Bizdə bir dana zəif var. Bizdə bir türklərdə, bizlərdə, biz qədimdən dədə-babalarımız sadədirlər. Sadi yox. Bizdə siyasətdə ikiyüzlük yoxdur. Siyasətdə bir dana yol var bizim qabağımızda.
İstiqlal da istiqlal. İndi istiqlalda olan mən federalçı bir qrup yaradım, ya federalçıları da gücləndirim orada, nə bilim, o birisləri də gücləndirim yoxdur. Federalistləri də vururuq, onu da vururuq, bunu da vururuq. Niyə? Çünki biz sadəcə deyirik, ha, yol birdir. Amma siyasi adam deyir ki, mənim milli siyasətimə nələr yaxınlaşa bilər, düşmənlikdən çıxadar, dostluğa gətirər. Mənim buram niyə belə oldu? Nələr mənim milli mənafiyimin, düşmənlərin xəl islah elər, ya azaldar onların düşmənliğin, ya mən onları muhar eləyə biləm, onları azalda biləm, onların qabağını ala biləm. Bir bu idi ki, bizim ağıllı olaydıq, siyasi tərpəşəydik, deyirdik ki, dörtlülü idi, bir dana hər halda güclü bir adamdır, 2 dana vizarətxananın məsulidir, bu 2 vizarətxana, biri kolleclərdədir, danışqahlar, radio, yəni, biz eləyə bilirik ki, bu dörtlürlə danışaq, Azərbaycanın tarixin keçirdək orada tarix bölümlərində oxunsun. Azərbaycana İranın farsların, İran farslar Toronto danışqahına ildə 1 milyon dolar, 2 milyon dolar pul verirlər. İldə. Orada bir dana bir mərkəz açıblar Toronto danışqahında. İran dili oxuyan, yəni farslar və İran tarixini oxuyan necə orada dörtlürü alırlar. Burs verir da orada. İran orada oxuyanlara burs verir. Bəlkə mən də getdim oxudum məsələn. Çünki görürəm ingilisdə əgər qoymurlar oxuyan, özümün də zorum çatmır. Gedim latar farsda oxuyum da. Tamam. Bu bir yoldur. Ki eləyə bilərdi. Məsələn gedir durur ya Azərbaycanda bir bursiyə yarat. Azərbaycan tarixinə, Azərbaycan türk dilinə, türklüğə bir dana burada şey getmədik, almadıq, istəmədik. Bu istək getmədi, düşmənlik elədik. O fürsəti əldən verdik. Siyasi bir düşüncə hər bir fürsətə mən hardan girə bilirəm? Baxın, görün siyasi necə olur. Məsələn, Amerika istəyir, İsrail istəyir ki, İranın atom bərnaməsinə getsin. İran düşmənidir da. İran deyir ki, mən səni yer üzündən siləcəyəm. Demir ki, mən səni öldürəcəyəm, vuracağam. İsrail demir, bunu fəqət İran deyir. Çünki İran müstəqim düşünür. İsrail qeyri-müstəqim. Deyir nə mənə? Mən səndən düşməndə olsam, deməyəcəyəm mən düşmənəm. Qoy dünyada hamı desin ki, o düşmənlik edir, mən düşmənlik eləmirəm. Bu bir siyasət. İkinci siyasət budur ki, sən məndən düşmənlik edirsən, ələnən, mən səni vuracağam, saat qoymuşsan ki, filan saatacan ya filan günəcən İsraili aradan aparacaq, tamam. Mən neynirəm? Casuslarımı mütəxəssis adına getirdirəm sənin idarələrinə, bombularımı da getirdirəm dəstgahların içi ilə sənin idarələrinə, istədiyim vaxtı partladırım. İstədiyim vaxtda 2 ton yarım sənədi atom bombu ilə ilgili 2 ton yarım sənədi videosu ilə, CD-si ilə, adresi ilə, hər şeyi ilə də yığıbdı taksi İranda deyirlər, nə mənə, taksibar. Taksibara yığıblar, yəni vanitə. Vanitə yığıblar, gətiriblər, veriblər şeyə. Beləsi olur. Siyasi bir düşüncə. Biz baxın dostlar, mən bunu keçin dəfələr demişəm. O birisi məmləkətlərə baxıb ölkəşməli yox siyasəti. Bizim tüm partilərimizin heç birisinin, birisindən xaric ki, siyasi təcrübələri var. Amma təəssübləri də var siyasətlərinə. Ondan xaric. Yəni, məsələn, mən biri ilə danışırdım, deyirdi ki, bizim çox qüsurumuz olur. Məsələn, biz gərək heç olmasa bir istiqlalçı təşkilat ola, biz gərək özümüz əl altından bizə bağlı, bizə yaxın adamları, tanınmayan adamları deyirik federal bir sistem qurun. Gördüm bu adam çox ağıllı adamdır da, siyasəti düşünür. Deyir ki, dünyanın mazalağı göydə atıblar fırlanır. Bu yerdə sikkəni atıblar, o Şerman xətti oynardıq ha, Şerman xətti atıblar göyə fırlanır. Bu yerə düşəndə hangi üzə düşə bilər? Bir var ki, bunun 2 üzü də mənim əlimdə ola, mənim ola. Hangi tərəfə düşsə mən udam. Bir də var ki, bunun bir tərəfi mənim əlimdə ola, əslən mənim tərəfimə düşmək şansı %50'dir. Amma bir də var ki, 2 tərəf ola, mənim əlimdə ola. İkisi də gəlsə mənim mənfəətdir. Yəni %100 mən mənfəət sahibiyəm. Düşmən bunu atsın göyə. Federalist də mənimdir, istiqlalçı da mənimdir. Baxın. Hə dostum, keçən dəfə danışdıq da. Əgər bu mövzuda danışanız olsa, gələrsiniz, danışarsınız, tamamdır. Mövzuda. Konu budur. Dostumuz oradan söyüşsama yazır. Özü də deyir ki, mən gəlim səndən danışaq. Yox, olmaz şey. Sən həm mənim ötürək. İndi dedik ki, bu xanım
deyir ki, bu xanım müttəhəmdir türklərin yanında, öz həmşəhrilərinin yanında. Həmşəhri deyəndə baxın bir dostlar, həmşəhri iki dənə mənası var. Bir budur ki, mən məsələn Təbrizliyəm ya Kəlanlıyam. Kəlanlılar mənim həmşəhrimdir, yerlimdir. Bir də Təbrizliyəm, Təbrizlilər mənim yerlimdir, həmşəhrimdir. Tehranlıyam, Tehranlılar mənim həmşəhrimdir, yerlimdir. Bir bu mənası var, yəni coğrafi mənası. Bir də həmşəhri deyəndə, yəni mənlə dildə, tarixdə, düşüncədə, filanda biri olan. Normalda budur. Türk dünyasında sən deyirsən, mənlə həmşəhri yoxsa İstanbula, ya sən Kanadada görürsən, iki dənə türk, bir dənə türkiyəli, bir dənə Qəzzaqlı, bir dənə Təbrizli gəlir bir yerə toplanır. Deyir ki, həmşəhrimdir. Yəni ki, biz bir yerliyik. Bir məmləkət deyəndə Türkiyədə, məmləkət deyəndə yəni gedir hangi ildən, hangi torpağın harasındanıq. Məsələn, İzmirliyəm, İzmir ilindənəm, ya məsələn Antalya ilindənəm, ya İstanbul ilindənəm, ya Ankara ilindənəm məsələn. Amma o zaman ki deyirsiniz həmşəhriyəm, yəni ki onunla biz bir-birimizə yaxınıq, onunla biz bir-birimizi qardaş kimi hiss edirik. Aramızda düşmənlik, kin, küdurət, uzaqlıq yoxdur. Hər halda xanım Şirin İbadi bilirik ki Zəncanlı olduğu üçün o bir iddia həmşəhriləri, yəni türklər, Azərbaycanlılar, Zəncanlılar bu cür fikirləşirlər ki, bu xanım öz türklük hüviyyətindən, kimliğindən, hüviyyətindən, kimliğindən utanır, qorxur, gizlədir. Yəni üstün örtə. Yəni bunun üstündə danışmır ki, mən türkəm. Çünki məsələn İranlılar bilməsinlər. Bunu danışdım, bunu biraz uzun danışdım. İndi sual soruşur. این سوال پیش می آید که آیا نمی توان هم ترک زنجان یا ترک غزنین یا ترک همدان یا ترک تهران یا ترک کرج یا ترک بود olmaq və həm demokrasi xah, hüquq bəşər fəalı və ayrı bir siyasi olmaq məsələn. Yəni istəyir bunu soruşaq. Xanım Şirin İbadi belə fikirləşir ki, məsələn Zəncanlı olsan, haqqın yoxdur məsələn demokrasiçi olasan, türk olan demokrasiçi ola bilməz. Ədəbiyyatçı olan məsələn bir türkçü şairdir, o hüquq bəşərçi ola bilməz. Bir dənə Qəzvinli, Həmədanlı, Talişli türk, bir dənə Təbrizli, Ərdəbilli, Urmiyəli, İsfahanlı, Şirazlı türk, Simnanlı, Kaşanlı, Kirmanlı türk, bir dənə Bəndərli türk, Cunublu türk eləyə bilməz məsələn demokrasi xah olsun, demokrasiçi olsun, demokrat olsun. Eləyə bilməz hüquq bəşər olsun, fəalı olsun, eləyə bilməz olan olsun. Niyə özün belə görür ki, üçün mən məsələn hüquq bəşər ya vəkil idim və ya üçün hüquq bəşər fəaliyəm, mən türk ola bilmərəm. Yəni bunların bir-birinə bir ixtilafı var. آیا بین حقوق بشر و ترک بودن و فعالین سیاسی حقوق بشری منافاتی وجود دارد؟ حقوق بشر فعال olmaqla türk olmağın arasında bir ziddiyyət var, bir düşmənçilik var. آیا ایشان یعنی خانم شیرین عبادی تسلیم بر روحیه پاپولیسم حاکم بر عموم فعالان مرکز و ایران محور هستند و همانند پاپولیست ها تسلیم به میدیا و رسانه ها بوده populisti rəftar میکنند. Bu da soruşur ki, bu xanım populisti. Populistin üçün əvvəldə danışdım nə idi? Bir də qeyd etmirəm ora. Avamların dalasına düşübdü. Bu radiolar, televizyonlar, İran radyo televizyon, İrancı radyo televizyonlar, ziddi Türk, ziddi demokrasi, ziddi Azərbaycan, ziddi millətlərin haqqları, iradələri ziddi medianın arxasına düşmüş millətlər, insanlar. Çünki bunu dostlarımızın biri yazmışdı, Səid Minai cənabları yazmışdı. Mən Səid Minai cənabların tanıram, azdan çoxdan uzaqdan. Yaxından heç vaxt görməmişəm bilərsin. O da məni görməyibdi yaxından. Hətta biz üz-üzə videoda danışmamışıq. Yəni deyək ki, üz-üzə videoda danışmışıq. Belə bir şey olmayıbdı. Çox heyf olsun ki, olmayıbdı. Niyə iki dənə düşüncə insan bir-birinə bu qədər yaxınlaşmayıb? Bu sorğu-sual yeridir. Amma bunlar bilirsiniz, bir zaman tutuldular. Bu son zamanda 5-10 nəfər tutuldular. Bunları apardılar zindana. Çox da çətin şəraitdə saxladılar. Hələ biri də sizə zindandadır. Bir dənə çıxandan sonra məqalə yazıb dünən İsrağacın. Mən dünən oxudum bunu. Yazıbdı ki, biz getdik, gəldik. Bu media, insanlar, baxın dostlar, əvvəl burasını danışaq. Mən istəyirəm onu deyəm ona görə.
İnsanlar əvvəl biz Amerikada nə bilirik? Hər nə bilirik ya radiodan eşitmişik, televizyondan, ya mahvarədən, ya da bir yerdə oxumuşuq da, ayrı bir yerdən ki, eşitməmişik, gedib görməmişik ki. Biz Kanadadan, İngilistandan, Türkiyədən, məsələn deyək ki, məsələn Monreo'dan biz nə eşitmişik? Məsələn bir dənə ad deyək da, bir dənə məmləkət Dominika. Dominiko'dan nə eşitmişik? Nə bilirik? Burada nə mənə var? Bax, cidden dostlar, bunu mənə deyin. Sizin zihninizdə Dominiko haqqında bir yerdən Dominiko nə mənədir? Burada nə mənəz var? Ha, su içində bir məmləkətdir. Bunu dedim. Nə mənə düşünürsünüz buna? Nə var? Tamam, mən su içində bir məmləkət dedim. Nə mənədir? Düşüncələri nədir? Harda olarlar? İqtisadı nədir? Ekonomisi nədir? Bunları bir düşünürük. Yox. Niyə? Niyə bunlardan zehnimiz yoxdur? Çünki medyadan almamışıq. Medya bizim zehnimizi düzəldər. Bizim zehnimizi düzəldən, bizim yapımızı, bizim düşüncə beynimizi düzəldən kitabdır, ruznamədir, müəllimdir, danışqahdır, radiodur, televizyondur, sinemadır, filmidir, kartondur. Nə məniyə baxırıq, onlardır, oxuyuruq, onlardır. Biz dünyanı hardan görürük? Buradan özümüz görmürük ki, bizə deyirlər. Biz oxuyuruq. Bizim zehnimizi düzəldirlər. Medya düzəldir. Xüsusən medya. Çünki biz radio, televizyon, məhvarə, film bunlara çox baxırıq. Vaxtimizin çox onların necəsidir, onlardan alırıq. Kitablar daha belə. Bunlar medyadılar. Bunlar bir iddə insanların düşüncəsidir bizə verir. Mənfəətləri o düşüncələr bizə verirlər. Mənim mənfəətim burada ki, siz bunları ki, mən deyirəm, bunları yavaş-yavaş inanasınız, ya bunları düşünəsiniz. Bu mənim mənfəətimdir. Nə mənfəətim olar? Məsələn, mümkündür, mən öləndən sonra biri dedi, Allah rəhmət eləsin. Oğlum, bu adam belə bir söz demişdi. Bu mənim mənfəətim olur. Ya gələcəkdə bir məmləkət qururam, bir dəfədə mənim mücəssəmi düzəldir, qoyur ora. Deyərlər, bu adam da bir zaman danışırdı. Mənəm, öləndən sonra mənə mənfəət gələcək. Necə ki, mən deyirəm, bu sözlərdən, bu sizlərlə bu danışıqlardan, vaxt qoymaqdan, zindana getməkdən, vurulmaqdan, şikəncə olmaqdan mənə xeyir gəlməyəcəkdir. Mən uduzmuşam, üstdə vuracam, ev udurmuşam, heç olmasa 2 dənə ev uduzmuşam, filan bəhman, heç olmasa. Ondan sonra ki, sağlığımı uduzmuşam, gedibdir. Medya bizim zehnimizi yaralar. Və insanlar medyadan aldıqları fikirləri düşünərlər, vaqeyi bilərlər, onu düşünərlər, onu dalısıcan gedərlər, ondan difa elərlər. Əslən soruşmaz ki, medya bunu düz dedi ya qələt dedi. Əslən İranda da bu, ya dünyanın geri qalmış məmləkəti, dünyada İrandan geri qalmış məmləkət və millət yoxdur. İranda olan insanlardan geri qalmış insanlar, millətlər dünyada çox az taparsınız. Tapmazsınız hətta. Belə deyəndə bəzi dostlarımıza tohin olmasın. Bəzi dostlarımız bunu biliblər ki, medya insanların beynini düzəldir və biz medya insanı yox. Bizim düşüncəmiz, baxışımız, qəzavətlərimiz bir şeylərdən difa edirik, gözü boğulu. Məsələn, bu dostumuz heç söyüş yazır orada. O bir dənə rəsmən qatıra bənzir ki, gözün bağlayıblar dəyirman daşının dövrəsində fırlanır, beləsi. Qatırla onun fərqi yoxdur. Çünki medya adamları qatır ilər. Medya adamlara deyər ki, dünyanı mən dedim budur, sən də bundan sonra ayrı bir şey eşitməmsən, bundan sonra ayrı bir şey də qəbul eləməyəcəksən, bundan da difa eləyəcəksən, bunun yolunda da öləcəksən. Adamlar gedərlər, bunun yolunda ölərlər. Bu təhsiz deyirsiniz. Amerika'da bu türdü. Çin de bu türdü. Fransa da bu türdü. Alman da bu türdü. Rus da bu türdü. Ərəblər də bu türdü. Kürtlər də bu türdü. Hər yer bu türdü. Fikirlərin ki, fəqət siz bu türsünüz. Çünki medyadır insanlar. Medyanı kim idarə elər? Məsələn, fikir ki, mənim bir dənə radio televizyonu var. Hər kəs o mənim radio televizyonuma qulaq assa, mən onların zehnini idarə edirəm. Pul sahibləri, güc sahibləri insanların beynini idarə elər. Mən istəyirəm ki, insanları idarə eləyəm. Pulum yoxdur. Pulum olsa bir dənə göydə mahvarə alaram, mahvarəni bütün alaram. O mahvarədən məsələn 5000 dənə televizyon deyirlər, icarə verirəm bu adamlara, az pulundan İsraillər eləyiblər bu işi, mahvarəni alıblar. Siz istəyirsiniz, mən istirdim bir zaman televizyon açam. Mahvarəyə zəh vurdım, danışdıq, ayına $45.000 istədi. Nə bilim, neçə santı yerində sənə mahvarədən icarə verir ki, sənin mocun gedə dəyə ora, oradan qeydə gələ yer üzündə adamlar görərlər. Buna ayda $45.000 məsələn səndən pul istir. Məsələn, mənim pulum olsa bir
nə bilim neçə milyon dollar da onu alsam, oradan qoyarım, özümdə radio televizyon qoyarım, başlarım insanların beynini yumağa. Çünki medianı pullar idarə edirlər. Pullar niyə idarə edirlər? Çünki mənfəətləri oradan gəlir. Oradan eləyə bilirlər, gələrlər, deyərlər ki, mən sənin zehnini düzəldirəm, sən mən dediyimi qəbul eləyəcəksən, mən dediyim yerində də öləcəksən. Tutuldu getdi. Çünki insanların beyni media düzəldir. İndi dostumuz Səid bəy Minai cənabları bu mövzunu əlinə götürübdür. Deyib ki, siyasətdə də budur, iqtisadda da budur, hər şeydə də budur. Hətta milli fəallar ki, özləri milli fəallar bilirlər, istiqlalçılar, filançılar, biz zindana düşdük, bizdən danışmadılar. Çünki media ki, beyin düzəldir, o bizi danışmadı. O bizi danışmadığı üçün insanlar bizə görə heç bilmədilər, bilmədikləri üçün də danışmadılar. O halda ki, dostum düz deyir. Biz milli fəallarımız haqqında çox az danışırıq. Və onlar tutulan zaman, onların ailələri ilə gündə gərək danışaq, uşaqların, bacıların, qardaşların, dədələrin, nənələrin gərək gündə gətirək danışırıq. Onlar mediada gündə qalsınlar, İran rejimi dünya gözü üstündə arasında abrısı geçsin, onları boşlamağa ya onları göz qabağında mühakimə eləməyə şey etsin. Yoxsa məsələn bu xanım ki, getmişdi, musiqiçi xanım vardı bir dana, indi adı yadımdan çıxdı, Allah səlamət eləsin, İsrağacın tökülüblər evinə, uşağının gözünün qabağında, indi bilmirəm döyüblər, döyməyiblər, söyüş veriblər, verməyiblər, bunları bilmirəm. Amma tutublar, hər telefonun zadını əlindən alıblar, evi axtarıblar, gediblər qonşu, ev sahibinin evini axtarıblar filan bəhman. Nə var? Biz üstürük burada. Niyə bu xanım getmişdi, traktorda müsabiqə vermişdi. Traktorun xanımlar getdilər orada. Orada bu xanım danışır, oxuyur. O sən çağırsan mən gələrəm, yaşa Azərbaycan, sən yaşa Azərbaycan, onu oxuyur. Ya o birisi oxumaqlar oxuyur. Nə var? İran dövləti bunu xətər görübdü özünə. Bu xanım niyə bunu oxuyur deyə gedibdi onu evindən çəkib tutubdu. Seşənbə günündəki bu gündür, gedəcəkdi zahirən idarə ittilata ki, salam aleyküm, aleyküm salam, mən orada niyə oxumuşam? Mən niyə ora getmişəm? Mənim haqqım yoxdur Azərbaycançı olan, mənim haqqım yoxdur milli şeir, mənim haqqım yoxdur oxumaq oxuyam. Gedəcək bunlara cavab versin. Ərz eləyim xidmətinizə ki, biz o günlərdə, mənim yadıma gəlir, mən buradan oturmuşdum, Oğuz bəylə bir canlı proqramımız var idi, Güney Azərbaycandan baxış proqramında. Orada bu mövzunu mətrəh elədik, bir ikisinin də dostlardan adını gətirdik, dedik ki, Güney Azərbaycanda İran adamları niyə tutur, niyə aparır zindana? Çünki Kuzey Azərbaycanda İranın casuslarını tuturlar, deyirlər casusdur, İran orada bomb partladacaqlar, filan eləyəcəklər, istilər dövləti rəsmən elan ediblər, dövlət yıxacaq da, Azərbaycan Cumhuriyyətinə dövlət yıxacaq. Bu İran burada bizim yazarlarımızı, siyasilərimizi, fəal mədənilərimizi ki, ən sülhsevər fəallardılar, bunları tutubdu ki, mən də sənin qabağında bunları casus elan eləyəcəm, onları ötür, bunları ötürüm. Cirovgan tutubdu. Biz onu danışmışdıq, amma bu vaqiyyətdir ki, biz bir media olmadığımız üçün, güclü media olmadığımız üçün səsimizi 10 nəfər, 15 nəfər, 20 nəfər, 50 nəfər eşidir və bir şey olmur. İndi, əcəba xanım Şirinibadi xanım İranın medialarının beyin yıxama sisteminin qurbanıdır. Onlar məni birdən pislərlər, onlar məni çağırmazlar, danışdırmazlar, mənim əleyhimə danışarlar, deyərlər, ziddi İrandır, filandır, bəhmandır. Ondan qorxur, populist rəftar edir, yəni düşüb avam dalısıcan. Əvəzin ki, yox, demokrasi budur, demokrasinin anlamı budur, demokrasida bunun haqqı var, onun haqqı var, onun haqqı var, bu millətin haqqı var, o millətin haqqı var və mən də bu demokrasiyadan bundan görə caizən almışam, bundan dəfə eləyəcəm. Çünki bu xanımın əlində fəqət İran mediası yoxdur. Bu xanımın dünya mediası bu xanımla danışmağa hazırdır. Bu xanımın İran mediasına və ya Fars mediasına ehtiyacı yoxdur. Gələ deyək ki, mən bunu danışmasam, məsələn, məni boykot elərlər. İnsafəli deyək ki, boykot eləyərlər, tamam, İnsafəli boykot olandan sonra yatdı. İnsafəli İranda da boykot oldu, yatdı, burada çıxdı, boykot oldu, yatdı. Yəni, heç fərq eləmədi. O fark etmiş. آیا بین ترک زبان بودن، هویت ترکی، دموکراسی،
و فعالیت‌های انسانی و حقوق بشری ضدیت و تباین وجود دارد. عجبا bir نفر Türk olsa ya bir millət desə mən Türkəm. Onlar desə ki mənim Azərbaycan Türkiyəm, Qəşqai Türkiyəm, Türkəmən Türkiyəm, mən Xəlic Türkiyəm, mən Türkəm. Acaba bunun demokrasi ilə, insan haqları ilə bir ziddiyyət var. Qanunlarla bir ziddiyyət var. Demokrasi ilə bir ziddiyyət var. Bunu da soruşduq. Mən təsəvvür edirəm ki, xanım Şirin Ebadi با احترام به افکار عمومی ترک ها این نکات را برای عموم و به خصوص برای همزبانان و همشهری‌های ترک خود روشن بکند. Mən fikir edirəm ki, xanım Şirin Ebadi bu ittihamlar ki ona görə vardı, bu suallar ki vardı, bunu gərək üstünü açaq. Məncə xanım Şirin Ebadi populist bir adam deyil. Mən belə düşünürəm. Mən xanım Şirin Ebadini cəsur bir adam bilirəm. Məncə xanım Şirin Ebadi təkcə İran rejimi qabağında durmadı ki, bu İranda o geri qalmış düşüncələrin qabağında durdu. İslamcıların düşüncələrinin qabağında durdu. Bunun üçün də dünya buna bu mükafatı verdi, bu caizəni, Nobel caizəsini verdi. Bunu da vermədi ki, get sən təslim ol İran mediasına. İran mediasının, İranın siyasilərinin, hizbilərinin, partilərinin qorxusundan məsələn gəlib millətlərin haqlarından difa eləyə bilmə, demokrasini tərif eləyə bilmə. Məncə bu bir belə idi. Yəni ehtiramla da sonra sayğılarımı sunmuşam və qurtarmışam. Dostlar, indi arz edim xidmətinizə bizim otağın müqərrəratın, o birisi otağın ki müqərrəratını aşmışıq gələn həftə yox, ayın 27-sindən başlayacaqdı. O müqərrərat burada da var. Dostlardan tanımasaq heç kəsi üstə gətirmirik daşınsın. Hər kəsin adı, şöhrəti, əksi bəlli olmasa gətirmirik üstə daşısın, danışsın. Çünki bizə çox mühümdür. Görək kim gəlir danışaq. Keçən dəfə Oğuz bəyin proqramında 2 nəfərə icazə verdik. Biri gəldi, söyüş verdi başdan ayağa. Əlan da bir nəfər burada yazır. Burada fikir edirəm bir özünə hər nə yaraşır, nənəsinə, dədəsinə, arvadına, bacısına, qızına, oğluna, hər kəsə hər nə yaraşır, hamısı burada yazdı. Yəni o məni ayrıhan eləməz. Çünki mən adam saymıram ki səni. Adam saymadığım üçün də sən nə yazırsan yaz. Çünki özünü, fəqət sən özünü boşaldırsan. O sənin içindir. Sənin şəxsiyyətindir. Hər kəsin içindən o şey tökülər eşiyə ki, onun içindədir. Sənin içində olan odur. Ona görə sən elə o cürsi qalsın orada hürsən, mənim nəzərimə yaxçıdır ta gələsən bura. Dostlardan Əhmai fikrim belə olacaqdır. Hətmən 7 nömrəli. Əgər varsınız, mən yenə sizi çalışın görüm gələ bilirsiniz üstə. Mütəəssifanə aksept olmur. Mən yazıram amma aksept olmur. Hakan xan da yenə də əksi var Hakan xanın, o birisinin də əksi vardı, onu gətirə bilirik. Bu birisi dostumuz üçüncüsü istəyib də onu gətirmərik. Çünki o adam həm hürür. Niyə hürür dostum? Buna görə ki bizim kətlərdə it olardı. İti bağlardılar ipinə. Amma o yoldan gəlib gedəndən ötürü özünü öldürərdi. O ipi çəkib qırardı az qala ki, geçsin onu dişləsin bir. Bir də mən bu son zamanlarda bir çox videolar görürəm itlərə görə. 2 dana it bir-biri ilə hürürlər. Vəsətdə bir nərdə var. Nərdəni açırlar, itlər ağza-ağza gəlirlər, sakit olurlar, hürmürlər. Elə ki götürürlər, başlayırlar hürməyə. Çünki deyir, mənim ona zorum çatmayacaq ki, buradan. İndi siz buradan uzaqdan oturmuşsunuz, hürürsünüz. Hürmək əvəzində deyin, ağa, mənim bu düşüncəm var, mənim bu fikrim var. Deyil, mənim bu düşüncəmi istəyirəm sizin düşüncənizin qabağına qoyam. Get özünə keçək bir ad seç, düzəməlli. Çünki mən bu adı tanıdım da, bu adı heç vaxt gətirmərəm üstə. Ondan sonra get əksivi qoy, düşüncəvi gətir, denən ki, hidayət cənabları, mənim sizin düşüncənizdən fərqli düşüncəm var, ya müxalif düşüncəm var. İcazəniz olsa, gələrəm sizin otağınızda danışaram. Mən də sizi dəvət edirəm, gələrsiniz münazirə ilə əslən. Mən hər kəs münazirə eləsə hazırım. Hər kəs. Qorxum yoxdur. Demirəm də ki, dünyanın bilicisi mənəm. Mən biliciyəm, özümü bilici bilirəm, özümü düşünür bilirəm, özümü filsuf bilirəm, özümü
stratejist bir tərrah bilirəm. Amma siz də stratejist ola bilərsiniz, siz də düşünür ola bilərsiniz. Mən demirəm ki, deyilsiniz. Amma ədəbli, mərifətli, ərkanlı. Gələcəksən, oturacaqsan, danışacaq. Bəli, doğrudur hər aylən. Biz bu cür adamları saysaq gərək kollən bəhsimizdən çıxış edək bunlara. Dostlar, mən o 2 dənə məsələ ki, istirdim Şirin xanım ibadəni bəhanə eləyəm, deyəm cənab xidmətlərinizə ki, çox da oldu, neçə saat oldu, baxın. Üst-üstə fikir edirəm ki, 2 saatdır danışıram. 2 saata 2-3 dəqiqə qalır, fikir edirəm danışıram. Ərz edeyim xidmət mübarəkizə ki, o 2 dənə məsələnin xülasə, burada bir dəfə də deyim gedək, əgər dostlardan gələn olsa üstə, istərsələr gələlər, mən sevinə-sevinə dedim, tanınan adamlar, adları, şöhrətləri olsa tanısam, bir şəxsi ya qabaqsın görmüş olsam, gətirəcəm üstü danışarım. O 3 dənə söz ki, mən Şirin xanımın üstündə çox nəzərimə stratejik konulardır. Biz bunları gərək düşüncə olaraq üstündə fəlsəfi şəkildə işləyək. Biri budur ki, doğrudur dostum, doğrudur, sağ olun. Biri budur ki, xodbavəri, özümə inanmaq. Mən özümə inanmalıyam. Mən əvvəl bunu bilməliyəm ki, mənim beynimi radio, televizyon, kitablar düzəldibdir, müəllimlər düzəldiblər. Bu müəllimlərin beynini kim düzəldibdir, dostlar? Bu kitabları kim düzəldibdir? Bu müəllimlərin beyni və bu kitabların yazanlarının beyni, bu radio, televizyonda danışanların, yazanların, bu mallaların, bu sıxənranlıq eləyənlərin, bu ustad danışqahların beynini kim düzəldibdir? Bunlar beyinlərində bir şeylər var da, gəlirlər orada danışırlar. Bunu kim bunların beyninə yerləşdirib? Bunu media yerləşdiribdir. Adam gəlib dünən danışır, haranın nümayəndəsidir, işimiz yoxdur. Gəlib danışır, deyir ki, Türkiyədə Atatürk bu işi gördü. Atatürk'ün çox iştibahları var mənim nəzərimcə. Mən dostlarla fərqini düşünürəm. Amma deyir ki, buna gətiribdir ki, Türkiyədə adamların hər bir erkəyin 50'yə yaxın qız dostu var. Partner cinsisi var. O istir desin ki, İranda niyə azdır? Bunu istir desin. Ki, yox, İranda biz azdır. İranda bir dana üzüstə fahişəxana düzəldiblər. Bu şey gözəl deyir, nədir? O Türk Abdi komedyen və Türk sinemator. O gözəl deyir ki, məmləkəti verdik, bir iddə filanın əlinə verdik. Çox gözəl, yəni ədəbsizdir, amma doğru açıqlamadır. Doğru açıqlamadır. Yəni İngilisi dildə desək, F-word kəlməsi ilə, əgər Türkçə desək, biz də adət eləyək, dostlar. Bu İngilislər kimi danışaq. İngilislər, məsələn, istilər deyirlər filan olmuş, deyirlər F-word. Bir dana kəlmə var, F ilə başlanır. Deyir ki, F-word, o F kəlməsində, demir ki, o F nədir özü. İndi biz də gələk deyək ki, G-word, G-word, G sözlü, C sözlü. Bu sözlü kəlmələr insafən bunlara işlənir. Onların zehni media düzəldibdir. Onların zehnin panfarsizm düzəldibdir. Onların zehnin İranda yazılan kitabların, dostlar, geçən 150 ildə yazılan kitablar, tərcümə olan kitablar, təsrih olan kitablar, mən sizə and içirəm. Baxın, hər kəs deyir belə deyil, mən əlimi burada qoyuram Quranın üstünə. Əlimi qoyuram Quranın üstünə, and içirəm ki, Nasiruddin Şahın xatirələrini əl aparıblar. Nasiruddin Şahın yazdığı ruznamələr, xatirələr, dostlar, əl yazısıdır. Özü yazıbdır ya da deyib yazıblar. Normalda özü yazıbdır. Çünki o ədəbiyyatından bəllidir ki, özü yazıbdır. Amma bunun əl yazısını bizə vermirlər. Əl yazısını gətirmirlər ki, bunu iskan eləyələr, deyələr, bunu iskanaya qoyaq, bunu götürün, hər kəs götürsün, bunu oxusun. Onu veriblər Amerikada, filan kəsə ki, pan-İranistlərin rəhbəridir. Onun mərkəzi vardı. O mərkəzdə bunu farslaşdırsınlar, İranlaşdırsınlar. Yəni yalanlaşdırsınlar. Yəni onu yalan eləsinlər. Yəni onun için dəyişdirsinlər, sizə bir İrancı bir şey versinlər.
Siz o kitab ki Nasreddin Xatirələri oxuyursunuz, Nasreddin Şahın xatirələrini oxuyursunuz. Nasreddin xatirələri deyil. O değişmiş, İranlaşmış, farslaşmış xatirələrdir. Nasreddin Şahın adına yazılan xatirələrdir. Əmanət müraat olmayıbdır. Necə ki bir dənə kitabı mən tənqih elədim, təsih elədim. Hər kəs gəlib öz gözünə baxıb da deyib ki, mən bunu beləsi çevirirəm. O da deyib, mən bunu beləsi çevirirəm. Mən bundan belə düşündüm, belə yazıram. Bu da deyib ki, burada qələt yazmışam, mən bunu belə yazıram. Bu yazıb burada Azərbaycan mənzuru İranmış, mən İran. Burada yazıb Türk mənzuru İranmış, mən bunu İran yazıram. O Türk yazıbdır, yəni burada torpaq Türk torpağıdır. Məsələn, bunu istirdim deyəm, yadımdan çıxdı. Tamam kitablarda oxusun ki, yazıbdır. Məsələn, bu dostumuz dünən bir məqalə yazıb oxurdum. Yazıb ki, bu gün oxurdum. Fərədzadə yenə mənə yazıbdı, Təbrizdə yazıbdı. Fikir edirəm ki, bu indi rəvabı, bir zaman rəvabı tümümü də olurdu. Yaxşı da bir düşünən bir adamdır. Dərs oxuyubdu, özünü aparıb yuxarıya, fikir edirəm döktürə alıbdı. Bir məqalə yazıbdı. Bu ki, biz Səfəvi dövrün tanımırıq. Səfəvi dövrün xaricilərin gözündən tanırıq. Gəlin, danışgahlara tərif eləyin, bir dana lisans, fوق lisans döktüra dövrü tərif eləyin, insanlara fوق lisans döktüra sahəsində getsinlər Səfəvi dövrəsini təhqiq eləsinlər, biz Səfəvi dövrəsini doğru tanıyaq. Gözəl bir şey. Amma hey orada deyir İran, 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 İran. Səfəvi dövrü Səfəvi, İran dövrü Şah Təhmasib, İran dövrü filan kəs. Axı oğlum o dövrdə İran yoxdur. İran adlı bir torpaq yoxdur, hakimiyyət yoxdur, ailə yoxdur. Bir qarış yer yoxdur adı ola İran. Sən niyə İran adı ora deyirsən o dövrüyə? İndi baxın dostlar. Hindistan adlı bir məmləkət var. İndi. İngiliscə India deyirlər, Hindistan da deyirlər. India da deyirlər, Hindistan da deyirlər, işte deyilir. Bu Hindistan, indi deyirlər, bu Hindistan bizə tohindir. Biz bu adı götürürük, dəyişdirik. Adın qoyaq filan şey, adını vermişlər, indi yadımda deyil. Yox, adın qoyaq belə. Gedəcək məclisə təsvib olsa adını çevirərlər. Əvəzin ki, bundan Hindistan deyəsiniz, bundan sonra. İndi o gün ki, o təsvib oldu, o gündən ki, o rəsmi dilə geçdi ki, buranın adı daha məsələn adı oldu Beşqiran. Hindistanın adına adını qoydular Beşqiran. Hər nə qoydular da, yəni o söz ki, qoyacaqlar o. O sözü ki qoydular, o gündən ora baharat, əhsən, baharat. Baharat məncə niyə gətirəcəklər? Bunu hətmən buna müxalifət eləyəcək. Çünki müstəmirə anlamına gəlir. Baharat yəni bu ki, biz bir zaman müstəmirə idik. İngilislər buranı niyə müstəmirələr? Gəlirlər buradan baharat. Yəni fildən filandan ədviyyəcət deyirlər də farsçada. Bu ədviyyələri buradan apararlar. Ora istot mistot. Bunlar apararlar. Buna görə buranın adı baharat oldu. Hər halda bəlkə də baharat bahar mənasındadır. Yəni baharlar ilə başa-başa orada bahar olur, qış az olur ya olmur əsla. Ona görə ora baharat deyirlər, bilmirəm. Hər halda bu Hindistanın millətinə, dövlətinə, nümayəndələrinə bağlıdır. Amma o gündən ki buranın adını qoydular baharat Haraylan bəy, o gündən biz deyə bilmərik ki, dünənləri baharat var idi. Baharatın məsələn 50 il bundan qabaq baharatda bulundu. Yox, 50 il bundan qabaq Hindistan var idi. Bir saat ondan qabaq Hindistan var idi. Hindistan getdi tarixə. İndi danışanda deyəcəksən ki, Indira Gandhi hangi zamanda idi? Indira Gandhi ha zaman dövlət qurdu? Hindistanda filan ildə. Mahatma Gandhi ha bax, məsələn Pakistan ha bax ayrıldı. Baharatdan deyə bilmərik. Deyəcək ki, Pakistan 1000 filan ildə, 1900 filancı ildə Hindistandan ayrıldı. Çünki Hindistan baharat bir yeni siyasi qavramdır. Yeni siyasi varlıqdır. Əsl tərifi fərq eləyəcəkdir. Ərz edeyim ki, biz bunu düşünməliyik. İndi Səfəvi dövründə əsl İran yoxdur ki, sən gəlirsən ki, İran. Qacar dövründə İran yoxdur, sən haqqın yox deyəsən İran. Dostlar, bir dənə də gözəl bir şey, bunu dünən yazmışam məqalə. O da indi bu dostumuz orada ədəbsiz dostumuz danışdı, ona görə söz gəldi zehnimə, bir şey yazdı. Oradan bir şey gəldi zehnimə. Zehnimdən getdi bir ayrı şey, oradan getdi bir ayrı şey, gəldi, çıxdı bura ki. Bir nəfər, bir fars, görüm tapa bilsəm onu mən indirmişəm burada,
mövcuddur. Əgər tapa bilsəm. Çünki ona görə bir məqalə yazdım mən. Bir nəfər bir dana bir tümənlik Nasiruddin Şah dövründən Nasiruddin Şah şəhid Nasiruddin Şah dövründə bir dana bir tümənlik çap olub, onun əksini qoyubdu. Onu istəyirəm göstərsəm sizə, onu da bir deyim da. Bu günlər o da cəlib olar. Onu da eşidəsiniz. Çox cəlib olar ki, dadı bidat silmişəm hətmən. Bir dəqiqə görüm ki, internetdə mövcuddur ya yox onu. O da çox cəlibdir. Çox sevdim, çox sevdim. Bu məhşər bir mən məcburam gedəm ki, öz weblogumda bunu müntəşir eləmişəm. Gedəm ora, oradan həm indirəm, həm də bir dana dostlar, bu pula bir diqqət eləyin. Kaş bunu sizə mən qəşəng göstərə biləm. Bu pulun iradlarını yazmışam. 19 dənə iradı var bunun. Adam mənə yazıbdır ki, mən ki pul tanıyan deyiləm. Mən ki tarixdə varid deyiləm. Mən ki tarixdə besavadam. Bir dana pul burada qoyublar. Deyiblər bunun 200 milyon tümən tazasını tapsaz, şəx cırılmamış olsa 200 milyon tümən qiymətidir. Elə bunu ki deyəndə 200 milyon qiymətidir, həm də çox şikdir, həm də Qacar dövründən qalıbdır. Nasiruddin Şahın ən gözəl çap elədiyi pul budur. İnsanların zehni olur, sehr olur, cadı olur. 2 milyon tümən nə mühüm bir şeydir, nə Qacarların mühüm bir şeyi var qalıbdır, əcəba. İnsanların zehni sehr oldu, getdi. Da düşünmür ki bu 200 milyon düzdür ya yox. Dostlar, baxın, bunun iradlarını yazmışam. Bu məqaləni gedib oxuya bilərsiniz. Yazmışam yazsaz elə aya in eskenas gəli əst əlaməti sual gələr. Yazsaz internetdə aya in eskenas gəli əst əlaməti sual gələr. Əgər gəlməsə insafəli hidayətdə qoysaz gələrsiniz. Ora izafə eləsəz gələrsiniz. Bunun 19 dana yalan olmağına irad var. Ki taza çap olubdur. Məhəmməd Rza dövrəsində, Rza Şah dövrəsində ya son zamanlarda Paniranistlər çap eləyiblər. Əvvəl niyə? Əvvəl bura baxın dostlar. Mən kaş bunu bir aynadan görsədə biləm ki sizə. Bancı şahənşahidir. Bu qərəki görsədir burada. Bu bancı şahənşahidir. Qoyun mən bunu şey eləyim. Download eləyim özümə. Gəl eləyə bilsəm. Bunu mən nə cür download eləyəcəm? Öz şeyimdən bunu download eləyəmirəm. Zalibdir. Hər halda Bancı Şahənşahi İran. Qacar dövründə İran adında məmləkət yoxdur. Məmalik-i Məhrusəyi Qacardır. Bəzi sənədlərdə ki məncə cəlidir. Gətiriblər, deyiblər, Qacarı götürüblər, yerinə yazıblar Məmalik-i Məhrusəyi İran. Bu birinci İran. Yəni ya Qacar ya İran. Niyə burada yazıbdır Bancı Şahənşahi İran? Bancı Şahənşahi İran. Bu məmləkətin rəsmi adı deyil. Rəsmi adı nədir? Bancı Şahənşahi Məmalik-i Məhrusəyi İran olacaq idi, əgər o cəlli İran sözü gəlsəydi. Amma əgər düzü necəsə olan Bancı Şahənşahi Qacar. Məmalik-i Məhrusəyi Qacar, üzrsən. Məmalik-i Məhrusəyi Qacar. Birinci irad ilə buradandır. Çünki hökumətin rəsmi adı gəlməsə olmaz ki. Gərək yaxşı bu banc dövlətin də bancı deyil, millətin də bancı deyil. Bu bir dənə şirkətdir, açıbdır, özünün adı budur. Onda niyə deyirik ki, Nasiruddin Şah bu qərardat bağlayıbdır. Ruslar burada, ya Avropalılar, İngilislər burada bancı açıblar. Əgər dövlət qərardat bağlayıbsa, dövlətin rəsmi adı. Çünki müqavilənin tərəfi, bir tərəfi dövlətdir. Dövlətin də rəsmi adı var. Məmalik-i Məhrusəyi Qacar. Amma bunlar üçün istəyirlər sonraki İran düzəldəcəklər ha. O İrana bir pirsəmini, zehni yarasınlar mediada, insanlarda, insanların beynini düzəlsinlər. İnsanlara bir zaman deyir ki, bu aranın adını çeviririk indi İrana. İnsanlar deməsə, niyə?
Desinə bax, qabaqsında bunun adı var idi, pərçəmi də var idi, şahın da üstündə əhsi var idi. Bu pulları da çap eləmək bir şey deyil. İstərsiniz bunu, məsələn, mənim dostlarım çap elərlər sizin üçün. İranın içində bunu dəstgah çapla 1000 dana bu cürsün bundan yaxşısını çap eləyə bilərlər. Kaş bizim dostlarımızın da biraz ağlı ola, oturarlar bunlardan bir ikisini çap eləyirlər, Qacar adı ilə filandan qoyarlar bazara, satalar, pullanarlar. Ola gedin bu pulları çap eləyin, satın. İkinci irat nədir? Mən o əsli iratları deyəcəm. Dostlar, bunun yazının üstündə, bu yazı ki görürsünüz bu üstə cıqqılı, bu Tehrandır, dəstəli T ilə yazılıbdır. Tehran. Bu Tehran düzdür. Tehran ki indi bu adlayırıq, bunun 2 nöqtəli T ilə yazılıb, bu cəli Tehrandır. Çünki Tehranın əsli adı dəstəli T iləndir. Fars dilində hər o şey ki ayrı dildən gələ, Fars dili olmayan onu T 2 nöqtəli T ilə yazmazlar. Onu dəstəli T ilə yazardılar. Tarix boyu belə idi. Bu da qanun idi. Hər şey ki ərəbdən gəlmiş ola, İngilisdən gəlmiş ola, Fransədən, Almandan, Türkdən, hər yerdən, Rusdan gəlmiş olsa, əgər onda T olsa, onu buna görə ki hamı bilsin, bu Fars söz deyil, ayrı yerdən gəlmədi, onu dəstəli T ilə yazardılar. Tehran üçün türklər düzəltmişlər. Türk torpağı idi, onu dəstəli T ilə yazırdılar ki, tarixdə bilinsin ki, bura Türk torpağıdır. Gəldilər, neynədilər? Onu yazdılar bura, düz yazıblar. İstəyirlər deyərlər ki, bu pul o zaman çap olub, diqqət buyurun, sənət düzəldirlər. Bu pul o zaman çap olubdur ki, dəstəli T ilə Tehranı yazırlar. Bunu biraz doğru görsətsinlər. Yəni, baxın, cəli dəyər, doğrudur. Niyə? Çünki orada dəstəli T ilə yazıblar. Amma orada dedik, şahın adı nədir? İndi, diqqət buyurun, burada Nasiruddin Şahın əhsi var. Bu Nasiruddin Şahın əhsi də pulun ortasında. Bu da Bigranlıqların üstündə Şah Zamanovlardı. İndi bilmirəm var ya yoxdur, yadımda deyil. Şer əhsidir burada. İndi bunun da iradı var. Bunun iradını hələ danışmayaq. Bu şerin də iradı var. Onu danışmayaq. Şahın ağzının qabağında yazıb yek tuman. Farsça yazıbdır. Tuman kəlməsi bilirsiniz Moğolcadır ya Türkcədir. Bu ki var qırmızının içində. Yek tuman. Tuman Türkçe sözdür. Gene də istəyiblər deyirlər ki, baxın, Nasiruddin Şah dövründə Türkçe işlənirdi. Türkçe işləndiyi üçün biz elə bunu demişik, məsələn, yek tuman yazılsın. Bu da burada görsədir ki, bu düzdür, Nasiruddin Şah dövründədir. Çünki Türkçe yazılıbdır, ya Moğolca yazılıbdır. İndi baxın, üstdə Bancı Şahənşahı, Tehran, Bancı Şahənşahı, aşağıda da yek tuman. Bunun arasında bu yazıya baxın, bu yazını görürsünüz. Görün, geçərsəm görəcəksiniz. Nə görsənir? First, İngiliscədir. First January 1896. Janviyenin birinci günü 1896-cı il. Yaxşı. Haradır bura? Məmalik Məhruse Qacar. Kimin bankıdır? Məmalik Məhruse bankı ya bankı Şahənşahı İran. Tamam, diqqət buyurun ha. Tarixi hangi dildə yazmışsa, aşağıda pulu yazıb ki, yek riyal, yek tuman. Yek tuman. Tarixi nə dildə yazmışsan? Niyə? Nə? Burada əgər İran desəm, İranın tarixi var idi o zaman. Burada da Nasiruddin Şahın əhsi var. Nasiruddin Şahın adı nədir? Burada niyə İngilisi tarix yazmır? Türklərin tarixi yox idi, Farsların tarixi yox idi, İranın tarixi yox idi o məqtədə. Dostlar, o məqtədə Məmalik Məhruse Qacarda tarix bugünkü kimi deyil də Fərvərdin 25 Xordad yox idi. Fərvərdin 25 Xordad 1304-də təsvib olubdur. Ayının 11-də yazmışam. İcazə buyurun onu tapım. Hangi ayın 11-idir? Yazmışam onu dəqiqən. Tapmışam ki Fərvərdin ayının 11-də 1304-də Rıza Şahı şaha çıxadandan sonra gəliblər, deyiblər ki, məclisdə qanunu dəyişdirin. Çünki da Framason təsmin tutubdu ki, Qacar xəlq silah oldu, xəlq qüdrət oldu, Qacarı götürdülər. Rıza Şah adında adamı gətirdilər, Rıza Şah adında bir adamı qulduru gətirdilər, şah elədilər. İndi deyirlər ki, tarixi gərək dəyişdirək.
Tarix o gün necə nə idi? Hicri qəməri Həzrəti Məhəmmədin Məkkədən Mədiniyə getmək günü ilin başlanğıcı hesab olurdu. Birinci günü o günüydü. O gündən sonra hesablayırlar, deyirlər ki, məsələn, neçə il keçibdi, neçə gün keçibdi, məsələn, keçibdi 1354-cü il, məsələn, bilmirəm indi neçədir, məsələn, bunda bu cürdür. Amma qəməri, ayın fırlanması ilə hesablayırdılar. Və amma ayların adı türkü adıydı. Uyğur türkçəsində. Türkü adıydı. Məsələn, Aslan, o adlar ki vardı, indi Əfqanistanda işlənir. Hər kəs istəyə görə ki, Qacar dövründə, Qacardan qabaq, Səfəvi dövründə ayların adı nə cür idi? Qəməri işlənirdi, hicri qəməri, amma adların ayı türküdür. Türkü adıydı. O adları orada görə bilərsiniz. Baxsaz çıxarsınız, istərsiniz də Google eləyin, tapın. Mənim indi yadıma gəlmir, fəqət onun ki, Əsəd yadıma gəlir, bunlar vardı, bunlar yadıma gəlir. Ərz edim xidmətinizə ki, pəs Nasiruddin Şah dövründə tarix, rəsmi tarix. Onlar ki, tamam sənədlər onun üzü ilə yazılır. Hamısı şeydir. Bu türkcə adlar, ay adları türk, il, qəməri, hicri. Bu pulda bunu götürübdür. Eləyibdir miladi, Məsihi. Deyəcəksiniz, nə iradı vardır? Məsələn, pul çap edib, adını qoyubdur, Məsihi tarix qoyubdur. Nə iradı var? Neçə iradı var? Bir bu iki şahın düz gözünün qabağındadır. Baxın, şahın gözünün qabağına baxın, düz bu qərə görürsünüz, bu qərə. Bu şahın gözünün qabağındadır. Yəni şahın gözünü, şah özü əvvəl elə bu pula aləndə əlinə görəcək ki, orada yazıblar 1300 falan, 1896. Özü Məsihi, özü Cənveri. Niyə mənim özümün millətimin tarixi yoxdur? Bu pulu mən çap edirəm, bu millətə çap edirəm. Bu millətin tarixini göstərməlidir. Nəinki Məsihilərin tarixini göstərməlidir, Framasonların tarixini. Framasonlar bunu düzəldiblər. Mən bu pulu istəmirəm. Bu pulu getdi. Bu o. Bir dənə irad odur. İndi deyirsiniz ki, bunu nə irad? Yenə də deyirsiniz. Deyərəm, ağa bax bir, Cənveri Məsihilərin ilinin başlanğıc günüdür. Bizim ilimizin deyil ki, Məsihilər bayram tuturlar, biz tutmuruq ki. Onun birinci günüdür. Yəni başlanğıç, Məsihiyyətin başlanğıç günüdür. Yəni baxın bunu salıblar Fərvərdinin 11-inə, Janviyenin 1-inə ki, deyərlər bizim hakimiyyətimiz mali olaraq başlandı. Məsihiyyətin hakimiyyəti İranda başladı. Bir dana hər şeyi dəyişdirəcəklər. 14-cü ildə də, 1314-də də dil dəyişəcəkdir, ad dəyişəcək, məmləkətin adı olacaq İran, Qacardan çıxacaqdır. Yəni 1314-də buranın adı Məmalik Məhrusəyi Qacardır, Məmalik Məhrusəyi İran da deyil. 1313-də deyəcəklər buranın qanunun eləyək Məmalik İran, Məmalik də olmayacaqdır, Məhrusə də olmayacaqdır, İran, Qacar da gedəcək, keçsin, hamısı keçsin işində alacaq, buranın adı olsun İran. Tarix, Riza o şahdan sonra pulların hamısı gene o İran olacaq. Gene də şəmsi ay olacaq, qəməri ay olacaqdır, qeyd edəcəklər buna. Çünki indi feylən bu pulda framasonerilərin rəmzidir. Başlanğıc rəmzidir. İqtisadi, biz iqtisada ələ keçirdik, ilin başlanğıc günü. İlin başlanğıcı çox mühümdür. Bilirsiniz, bizim öz ilimizdə də il seviləndə otururuq. Ya müqəllibəl qulub və əbsar, ya müdəbbirəl-leyli və nəhar, həvvəl halənə ilə əhsənil hal. Allah bizim halımızı ən yaxşı elə bugündən. Burada nə olub? Geçdi, getdi. Buradan bu güzel. Yəni tariximiz bizim buradan başlanır. Arzularımız. Burada da bunlar deyirlər ki, bizim arzumuz burada oldu. İranın pulunu ələ keçirdik, ayını da vurduq, tarixini də vurduq. Bu da bu. Bu pul dəyərlidir o tarixə görə. Ondan sonra Nasiruddin Şahın əhsin qoyubdur. Bilmirik Nasiruddin Şah deyil, yox. Mən mütməyin deyirəm. Bir dənə əhs qoyublar. Sibilli, bəlkə Nasiruddin Şahdır. Bu tərəfində dedik ki, bir dənə şer əhsi qoyublar, biqranlıq əhsidir üstündə. Calibdir ki, bu biqranlıqların üstündəydi. Pəhləvi dövründə qoyublar bunun üstündə. Yəni, baxın, bu biqranlıqlar ya içqranlıqların üstündəydi, bilmirəm. Üzr istəyirəm, qoy mən bunu gətirim yenə bura. Bunu mən geçərdim, siz bunu geçək görün. Dostlar, bu əksə baxın, diqqət edin. Lütfən baxın, bu Məhəmməd Rıza Şah dövründə ya biqranlığın ya içqranlığın
üstündə idi. Dalısında ədəd yazılmışdı, bir tərəfində bu şeir bu var idi. Bu əks o zaman yox idi. Əgər o zaman var imişsə heç, amma o zaman yox idi. Bunu bu zaman düzəldiblər, aparıblar. Bu zaman düzəldiblər, bu zaman qoyublar bu filmin üstə. Yəni Məhəmməd Rza dövründə bu pul düzəlibdi, çap olubdu. Bu əksi də Bigranlıqdan götürüblər, qoyublar bunun üstünə. Bunu yazmamışdım. O yazıda bu iradı yazmamışam. Nə mənəni yazmışam? Bunu yazmışam. Şahla şeirin arasında yektuman yazılıbdı. Altında imzaya baxın dostlar. Qoyun burada mən tərsə olur mənim özümə də. İmzanı görürsünüz. İngiliscə imza. Altında nə? 2 nəfər imzalayıb bu pulu. Müdiri kolle. Müdiri kol. Nə mənənin müdiri kollu bəlli deyil. Biri bu imzalayıbdı, İngiliscə imzalayıbdı. Biri də dəftərdar kollu. Bu müdir kolludur. Bu müdir kolludur. Ay, əlim dəydi, rəngi dəyişdi. Çox üzr istəyirəm. Bu müdir küllüdür, bu başdakı. Bu da şeydir. Dəftərdar küllüdür. Haranın dəftərdarı küllüdülər, nədirlər, nə qarədilər bəlli deyil. Əcəba bu puldur, yoxsa çekdir? Bu da bir məsələ. Niyə Nasiruddin Şahın adı yoxdur? Əvvəl bu. Rəisi kollun adı imzası var. Şahənşahın da adına baş vurublar. Şahənşahın əhsin qoyublar. Şahənşahın adını yazmayıblar. Məgər olar ki, siz şahın adını yazmayasınız, amma əhsin qoyasınız. Şah bunu qəbul. Mən olsam qəbul eləmərəm, qalan şah. Mənim adım. Ola mən bir dənə mətləb yazıram. Bu pul qəraldır. Bu pulun niyə etibarı var dostlar? Bu pulun şahın əhsi olduğuna görə etibarı var. Bunu bahit çap eləsə, Xameneyin əhsi orada olmasa, Xumeyniyin əhsi olmasa onun üstündə, onu heç kəs qəbul eləməz. Çünki deyirlər bu hər kəs bunu çap elər. Amma bu pul olsa mən aparırım deyirəm, bu pulu vericinin, dövlətdən bunu allam. Budur dostlar, bu cəli bir puldur. Niyə ki adam gəlibdi, şahı qoyubdu, adını qoymayıbdı. Gərək sən burada yazıydı, məsələn deyirəm, İran pullarında yazırdı, İmam Xumeyni, ya yazırdı Məhəmməd Rza Şahənşahı İran, Məhəmməd Rza Şahı Pəhləvi Şahənşahı İran. Məsələn, onun pullarında belə yazırdı. Niyə burada yazmır ki, məsələn, nə deyək, Sahibqiran, əsli ləqəbi Sahibqiran, Şahənşah, Nasiruddin Şahı Qacar, Şahənşahı Məmaliki Məhrusi. Məsələn, niyə yazılmır? Çünki cəlidir. Çünki istəyiblər deyirlər ki, bu şahı biz əşaya gətiririk, dan edirik, təhqir edirik. Bu təhqirdir. Amma 2 nəfər gəlibdir, imza vurublar, İngilisi də imza vurublar, adlarını yazıblar İngiliscə. Deyək ki, bunlar xaricidirlər. Mən baxdım ki, görüm bu o dövrədə bankın adamları, rəisləri içində gördüm xaricidirlər. Deyək ki, xaricidirlər. Nədən bu xaricilər adlarını türkcə, farsça yazmırlar hətta belə, ərəbcə yazmırlar, türkcə yazmırlar. Nədən bu dillərin heç birində yazmırlar, İngiliscə yazırlar? Deyərsiniz, çap dəstgahı, çap İngilisini rahat çap eləyə bilər, farsını, ya türkünü, ya ərəbini yox. Belə bir şey yoxdur. Çap dəstgahına fərq eləməz hangi dil olur olsun. Olar. Və cəlib budur ki, onlar eləyə bilərlər farsı imzanı, məsələn 2 gün təmrin eləyər, farsı imza yazırlar. Yox. Bu pul cəlidir. Cəli olduğunun biri də budur ki, xarici imza ilə, yəni ki, bu xarici puldur, biz deyil. Ya istəyirlər deyirlər ki, bu xarici pulun zəmanətindədir. Bizim deyil. Bunun çox iradları var. Əşağıda da həman genədə o Bigranlığın əhsini əşağıda qoyub dostlar. Bu aşağıda diqqət eləsəz, indi diqqət buyurun. Üstə nə yazmışdı? Yazmışdı ki, Bank-ı Şahənşahiyə İran. Dalısında pulun arxasında nə yazıbdı? Pulun arxasında da yazıbdı The Imperial Bank of Persia. Buranın adı İrandır. Gərək yazıydı ki, The Imperial Bank of Iran. Üstə o da xeyr. Forən bir dənə cəli yetirdiblər ki, bura İran deyil, bura Persiyadır. Cəl belə olar. Yəni, bir dənə pulda, dalısı ilə qabağında tarixi cəl elədilər. Adı cəl elədilər. Özlə
The Imperial Bank. Imperial həm imperatorluq anlamında, həm də şahlıq anlamındadır. Ona görə bunda hələ müşkülümüz yoxdur. Amma orada Persia sözü. Van Tuman da ki aşağıda yazıb Van Tuman, İngiliscə yazıb da onda şey eləyibdi. İndi yenə diqqət edin. Burada bir ədədlər qoyubdu. Mən yenə bunları baş tapmadım nədir. Bu ədədləri mən baş tapmadım nədir. Gərək bancın serialı ola bu 0 4 5 dənə 0 var qabağında. 1 0 4 üzr istəyirəm. A hərfi, sonra 4 5 dənə də qabağında 0 var, yəni 40.000. 400.000, üzr istəyirəm 5 dənə 0 var, 400.000. A 400.000. Bir tərəfdədir. Bu tərəfdə də A 301.000. Yəni bir dənə pulda 2 serial var. İndi bu da bir müşküldür. Bu serial nə cür bir serialdır? Niyə beləsidir? Nədir? Bunları da bilmirəm. İndi gələk bu aşağıda. Bu aşağıda istəyiblər deyirlər bu pul doğru puldur. Bu pul əsl puldur. Bu pulun rəmzi var üstündə. Rəmzi nədir? Bu əlifbanı görürsünüz burada ingilisini burada üstdə. Bunları pant eliblər, dəliblər. Pulun üstündə dəstgah bunları dəlibdir. Zahirən tərsə dəliblər. Tərsə dəliblər. Bəlkə də pulun o birisi tərəfindən baxaq görək var ya yox. Dostlar, diqqət buyurun, bunu görməmişdim. Bunu görməmişdim, indi gördüm. Aşağıda pulun dalısında pantla dəliblər pulu yazıblar ki SPL, indi buradan qəşəng oxunur. Mən bu tərəfdən baxırdım, oxunur. SPLCITVLEN. Hayla bir şey okudum. Burada okunmur. Burada çünkü terse düşüp de okunmur. İndi diqqət edin, bu pulun iki tərəfi də pançolar ya yox dostlar. Yəni siz bir pulun iki tərəflidir da. İğne ilə dəlsəz iki tərəfi də gərək dəlik görsün. Bu aşağıda dəlikləri gördük. Gəlin bura. Bu pulun gərək burası dəlik ola. İmzanın altı gərək dəlik ola bura. Niyə dəlik deyil? Niyə pants deyil? Bunu da indi gördüm. İndi diqqət eləməmişdim buna ki, belə bir iradı da ola bilər. Bu pulun 21 dənə buradan iradı çıxdı. İkisində yazmamışdı bəs. Zalibdir dostlar, mən tohin elədim nəzərinizə. Bir dənə password adında bir adam gəlibdi. Deyir ki, tohin nəkun. Bəhs elmi niyaz bir mənabə edare. Ustad, الان اینو دیدن شد 20 اشتباه. Bilmirəm dostumuz kimə yazıbdı, mənə yazıb ya kimə yazıbdı bilmirəm, amma bu oldu 20 ya 21. 19'un yazmışdım, ikisinde dedim daha. İkisi de taza dedim, onları 21. 21 dana irat var. Birin bu giranlığı dedim ki qoyublar. Nəzərimə bu şeydir. Burada da aşağıda bunun dalısını, dalı tərəfdən də bura qoyublar. İki yerə qoyublar. Bunun özünün də bir iratları ola bilər. Yekəldib baxsaz, bəlkə bunun o dövrdə pərçəmə baxsaz görərsiniz. Mən pərçəmdə baxdım. Pərçəmdə 6 dana böyük ox var. Ya 7 dana. Burada mən görə bilmədiyim üçün saya bilmədim. Yəni yapıcıq kiçikdə ki əslən görünmür, kiçikdə də sayanmadım. Görürəm ki neçə dana. Pərçəmdə amma saysaz görərsiniz. 7 dana ox var. Gün çıxır. Günün şua deyirlər də ərəbcə. Şuaları, işıqları belə gedir, dünyaya yayılır. Şerin boynundan çıxır. Şerin boynunun arxasından gün çıxıbdı beləsi. Gün ışıq belə gedir dünyaya. Vəsətdə ox var. Ox çıxıb bunlardan dünyanın hər tərəfinə bir ox gedir. Oxlar nə əlamətidir bilmirəm, amma hər halda məsələn türklük əlamətidir. Zahirən çünki o Osmanlı videolarında da görsək qayif olan bunların hamısının ox əlaməti var. Türklərində ox əlaməti zaten varlarıdır. Orada o oxları sayıb şerin ayağın, quyruğun, başın, saqqalın, ağzın bunları da baxıb görməlidir. Ha belə tac, üstdəki tac var, o tacı da görməlidir. O tac nə şəklindədir? Bunların kompleksin baxıb görməlidir. Bayraqda da var ya, yox da ayrı mənabeydə var ya, yox. Ondan sonra onu demək olar ki, bu o məqtədə şeir düzdür ya, yox ya cəhlidir. Amma indi ondan sonra gəldik, dedik ki, ən mühüm şey budur ki, bir pul əgər şey olsa, panç olsa, dəlinsə, hər iki tərəfdən panç olmalıdır. Zahirən bunun pançı varmış, mən görməmişəm. Üzr istəyirəm dostlar. Zahirən üstdən görək burada nə oxunur?
Burada bu qırmızı yazıcı imzalar var. Burada punch var. Çox üzr istəyirəm, varmış. Varmış. Burada punch yeri görünür. Zahirən bunlar punch'dır. Amma oxunmur. O da oxunmalı yer. Onda baxmalıyıq. Görək ki, əcəba eynidir ya fərqlidir. Burada mən əvvəldə bir şey vardı. O oxuyamirəm. Ondan sonra P, E, C, T, N'dən sonra M'dir. Üzr istəyirəm. M'dir bu. T deyil. C, T, M'dən sonra E. O axirdə ehtimalən H-dir. Mən bu tərəfdən də beləsi oxuyuram. Aşağıını da aynada fərqli oxudum. Qoyun görün, bunu bir də yekəldim. Görüm oxuya bilərəm. S, F ya P. Onu da şey oxuyamirəm. E, O ya C. Burada M oxunmur dostlar. T, I, V, E, üzrsən N oxunur. Yenə dalı ilə fərqli gəlir nəzərimə. Üstdəki də oxunur. O irad hesab olmadı. Bəs onu mənə bağışlarsınız. Orada görməmişdim. İndi birdən gördüm ki, orada da nöqtələr var. Punch əlaməti ola bilər. Hər halda o da o cürsü bir şey. O irad dəyməz. Hər halda bunun heç olmasa bir 20 dənə iradı var. Acaba bizə belə bir tarix düzəldiblər zehnimizə. 200 milyon verib adam bunu alacaq. Əlbəttə özü nə yazıbdı? Bu pulu satan o üç adam bu əhsi qoyubdu, satmaq istəyir. Yazıb da hala əvvəlin iskinası İranı didə bu deyil. Əvvəlin iskinas deyib. Belə bir ki, bundan qabaq iskinas yox imiş. Bundan sonra Məmalik Məhrusi Qacarda dostlar. Mən burada çox da iradlar yazmışam. Onları gedib oxuya bilərsiniz. O iradların şeylərini, məşruhunda yazmışam ki, nədir? Məsələn, Qacar dövründə niyə o Tehranı yazıbdı? Orada yazmışam ki, niyə bu Tehranı yazıbdı? Çünki Qacar dövründə Məmalik Məhrusi Qacar neçə məmləkətin mürəkkəbidir. Bir federal dövlətdir. Hər federal dövlətin içində də yenə də bir federallıq var. Yəni bir Kəlan federal var, bir dənə də deyək ki, Xurd federal var. Federal özü bir federal dövlətdir ya konfederal dövlətdir, bir dənə də hər dövlət özü də bir federaldır. Onlardan biri Azərbaycan məmləkətidir ki, dostumuz bu videoda qoyubdur. Əgər bunu dostlardan xahiş elədim, keçsinlər Təbriz Məscidi Camiindən, Cümə məscidindən bu əhsi götürsünlər. Bu əhsi bizə oxusunlar. Görək ki, bu əhs dəqiqən nə deməkdir. Onu da dünən İsrağa gün göstərmişdim, amma onu da yenə sildim dünən gecə. Gördüm ki, oxuya bilmirəm, sildim. Amma indi bir yerdə gördüm əlanı. Görüm, mən internetdə gördüm onu, harada gördüm. Bəli. Bu əhsi ki, görürsünüz Təbrizin məscid camiyində, Cümə məscidində divardadır. Bu məscidin bu dostumuz göstərən yerdə bir yerdə yazıb ki, məmləkəti Azərbaycan, məmləkəti Şirvan. Bu cür məmləkətlərin adını yazıbdır. Azərbaycan, Məhrusiyə. Mən bunları özüm oxuyamıram, sizə nə cür oxudacağam burada. Məhrusiyə. Tərsə görsənir. Məhrusiyə Azərbaycan, İraq, Xorasan. Hələ bunları mən oxudum. Bundan belə ki, mən çətin oxuyaram, bu cür xəttləri mənə çox çətindir. Ömür boyu xoşnevisdən xoşum gəlmədi üçün oxuya bilmədim. Amma elə burada qəşəng görsənir. Mən buradan ki gördüm, elə bir düz görsəndi orada. Ya nə cür? Biraz nəzərimə oxumağa gəlmək ola bilir. Hər halda, dostlar, burada məmləkətləri yazıbdır ki, məmləkətlər hal-hazırda məmləkətdir. Məmləkətlər, hər məmləkətin özünün pulu var. Üstündə məmləkətin paytaxtının adı var. Məsələn, Təbriz, məsələn, Tehran, məsələn, Məşəd, məsələn, Məhəmmərə. Məsələn, o pul fəqət o məmləkətdədir. Çünki ərz hesab olur. Əgər siz onu istəyəsiniz gələsiniz Tehrana, Tehranda xərcləyənmirsiniz. Ərz hesab olur. Diqqət buyurun. Elə bilin siz gedəsiniz Türkiyəyə. İrandan pulunuzu götürürsünüz, gedəsiniz Türkiyəyə. Türkiyədə xərcləyənmirsiniz ki. Nə etməlisiniz? Getməlisiniz ya bir sərrafiyə, ya da yolda bir yerdə bancada çönməlisiniz. Deməlisiniz ki, mənim bir belə İrandan pul gətirmişəm, bunu verirəm, mənə lirə ver. O sizə lirə verir. Getsiniz Türkiyədən çıxasınız, gedəsiniz məsələn Yunana, gedəsən, İran pulu götürmüsən, gedəsən deyəsən ki, mən Yunan banki, Yunan sərrafları, mən burada bir belə İran pulum var, lütfən mənə Yunan pulu verin.
satılmaz, xərclənməz. Bəzi pulları çıxaq. Məsələn, Türkiyədə indi dolar xərclənir. Kanada olsun, Amerika olsun, euro xərclənir olsun. Bəzi keşvərlərin, ərəblərin pulları bəzən xərclənir. Bəzən, hər yerdə yox, amma bəzən xərclənir. Bəli, dolar məsələn Türkiyənin başa-başında xərclənir. İranın başa-başında hər kəsə dolar versən, deməz yox, alar, rədd eləməz. Çünki bilir ki, qazanacaqdır. Qacar dövründə məmalik məhrusənin hər məmləkətin özünün pulu var. Bu məmləkət dolar, içdə puldur, eşiyə çıxanda döviz ya ərzidir. Eşikdə. Əgər biri Azərbaycandan istir getsin Xorasana ya istir getsin məsələn deyək ki Əl-Əhvaza ya getsin Tehrana, Azərbaycan pulunu gedir indi məsələn Tehrana girəndə o indi mərzi hardadır, orada indi mərzi gedəndə ha maşına çıxırlar, pul satırlar. Fikrin ki o cür bir yer var, gedirsiniz ora ya gedirsiniz şəhrin özünə, gedirsiniz bankına deyirsən, mən bu Təbrizdən 100 tümən pulum var. Ondan o 100 dana bir tümənliğim var. Elə bu bir tümənliği götürürsünüz məsələn. Gedirsiniz deyirsiniz mənim 100 tümən pulum var. İstəyirəm ki Tehranda xərcləyəm. Sizə Tehran pulu verir. Bu Tehran yazıb üstündə ha. Tehran məmləkətinin pulunu verirsə deyir ki bu Tehranda xərclənər. İstəyirsən gedəsən Xorasana, bu pulla getsən gərək ki orada Xorasanda xərc eləyəməzsən. Çünki onu almazlar. Qeyri-qanunidir orada. Gedəcəksən bu pulu alan satanların yanına deyəcəksən ki mənim Tehran pulum var ya Təbriz pulum var ya Əl-Əhvaz pulun vardı. O pulu verəcəksən, sənə ayrı pul verəcəklər. Döviz dövrüdür. Bu ki burada yazıbdır Tehran, bu bunu göstərir ki, bu pul yox dostum. O zaman dolar da pul değildi. Bunu yadınızda salın. Dolar 2. Dünya Savaşından sonra ciddi pul olubdu. Bunu ki deyirlər, bunlar hamısı şösəşi məğzirdir. Medianı bayaqdan bunu deyirik. Media beyinləri yıxar, yaradar. Dolar 2. Dünya Savaşından sonra dünyaya giribdi. 2. Dünya Savaşından qabaq dünyada bilmirdilər dolar nədir. Çünki ərzişsiz bir puludur. Heç də almazdılar. Əsli pul İngilistan pulu idi, lira idi. Sonra Fransa pulu idi. Ondan sonra da Alman pulu idi. Türkiyə pulu lirəsi idi 1. Dünya Savaşıdan. 1. Dünya Savaşıdan Türkiyə lirəsi idi. Hətta İngilistan'da lirədir. Yəni etibarın Türk lirəsindən almışdı. Türk lirəsinə bənzəsin, güclü görsənsin deyə adını qoymuşlar lirə istirling lirəsi. Diqqət buyurursunuz. Çox dünyada, hətta indi də bu günləri çox pullar var, adı lirədir. Lirə. Niyə? Çünki Osmanlıdan güclü pul qalaraq oradan alınıbdı. Qacar dövründə İran'da şey yoktu. Dolar yoktu. Buna göre siz 1. Dünya Savaşından sonra yavaş-yavaş İran'da görərsiniz ki Amerikalılar gəlirlər, dünyaya çıxırlar. Çünki rifahlanırlar, adam hesab olurlar, orijinaldan adam hesab olmurdular falan. Yavaş-yavaş dünya səviyyəsinə çıxmağa çalışırlar. O cümlədən gəliblər Təbrizdə məsələn mədrəsə açıblar, Urmiyədə mədrəsə açıblar, konsulgərlik açıblar. Yavaş-yavaş dünyaya qədəm qoyurlar. Çinin bugünkü kimi. Çin ki indi var ha, güclənir, yavaş-yavaş dünyanın hər yerinə gedir, adı budur ki, mən gələcəm sizə iqtisadi, ekonomik köməklik eləyəm, yüksələsiz, gedəsiz, qabağa filan bəhman. Eyni həman işləri Amerikada o zaman görürdü ki, istemarına İngilistanla savaşmasın, amma İngilistanın qabağında, Fransanın qabağında, Almanın qabağında savaşa girməsin, amma yavaş-yavaş özünə yer eləsin. Onda dolar ərzişi yox idi. Bunlar ki deyirlər dolar o zaman bir belə idi filan idi. Ola bilər, demirəm ki olmaz, amma dolar güclü pul deyildi. Dolar dünyada mətrəf olan pul deyildi. Dolar 2. Dünya Savaşından sonra dünyanın beyin yıxama, sistemin değiştirmə pulunu apardılar Amerikalılar üçün oradan. Tamam dövlətlər əslində şikəst yedilər. Amerikadan sonra. Çünki Amerika əslində savaşa girmədi. Amerika axır günlərdə gəldi, 2 yeri bombaran elədi. Hər yerdə pul verdi üçün hamı bəşqəs düşmüşdü, hamı şey olmuşdu, buradan pul aldı. Bunlara şey qoydu, şərt qoydu. Mən sizə pul boş verirəm İngilistana, Almana pul boş verdi, Japona pul boş verdi. Ya pul boş vermədi, dedi, ekonomimizi mən düzəldəcəm. Hətta İrana pul boş verdi, Türkiyə, hər yerə pul boş verdi. Dedi ki, bir şərtim var. Mənim pulum dünya pulunun məzənnəsi olacaq, tərazisi olacaq. Mənim pulumla ölçəcəksiniz. Hətta o zaman dedi ki, diqqət buyurun, bu çox ciddi bəhsdir, dostlar. Beyninizi media yeməsin. İran mediası xüsusən. O zaman dedi ki, niyə mənim pulumu qəbul edirsiniz? Çünki mən deyirəm ki, İran da sonra bunu qəbul edirdi. Bu sistemdə getdi. İran özü də bu sistemdə getdi. Ta bu son zamanlardan İranda da belə idi. Dedi ki, mən hər bir sent ki vardı,
bu senti qızıl olaraq mənim qızılxanamda var. Xəzanəmdə qızıl var. Siz bu kağız pulu ki, əlinizə alırsınız $1, məsələn, bu $1, məsələn deyirəm da, 1 girəm vəznində qızıl ala bilərsiniz. Hər zaman siz mənim pulumu qəbul edin, hər zaman siz bu doları istəmədiniz, gələcəksiniz mənim bankıma, bu pulu verəcəksiniz, qızıl alacaqsınız. Üstündə yazıram. Yazılıdır. Neçə girəm qızıldır. Məsələn, $100, məsələn, fərz buyurun ki, 20 girəm qızıldır, 10 girəm qızıldır. Bilmirəm hər neçə girəm. Bunu deyərək, özü qızıla məşhur idi da. Deyirlər ki, bura dünyanın qızıl mərkəzidir. Sandığıdır. Tamam dünyadan Amerikaya nəyə köçürdülər? Deyirlər, orada qızıl var, gedir qızıl qazaq çıxarıq. Hamı qızıl qazanıb rifahlanmaq üçün gedirdi Amerikaya. Amerika sən buradan oldu Amerika. O qızıllara görə gəldi neynədi? Dünyada dedi ki, mənim pulum, dünyanın pulum, mənim pulumunu ölçəcəksiniz, mənim də pulumu özüm vəznin, müşəxəs eləyəcəm ərzişim. Ərzişi də nədir? Qızıldır. Tamam dövlətlər bunu qəbul elədilər, yazdılar, təəhhüd verdilər. Ki, sənin pulun mərkəzdir. İndi niyə məsələn İran, Çin, ora, bura, Türkiyə çalışırlar ki, alternativ yaradanlar? Çünki bunların hamısı təəhhüd veriblər. Onu eləyə bilməz. Amerika məsələn 20 il bundan qabaq, ya 3 il bundan qabaq gəldi dedi ki, ağa mən qızıl verəmərəm. Niyə? Dedi ki, üçün pullardan hər seri pul ki var, bundan 3 seri, 4 seri çap olubdur. Və biz bilmirik ki, bunları yetirəmərək. Bunların qızılı çoxdur, bizdən çoxdur. Kağızın özü mötəbərdir. Kağızın özü nə cür mötəbərdir? Təvərrüm getdi yuxarıya, kağız aşağı yuxarı olur. Hətta Amerikanın özündə də. Məsələn, dünyanəcəm fikir eləyin ki, 1 kilo yer almanı alırdıq. Məsələn deyirəm, $1 bu günlər alıq, $1 70 sentə. O $1 kağız idi, amma qızıl olsaydı ərzişi indi getmişdi yuxarıya. Yəni, məsələn, olmuşdu $3. $1 qızıl indi olmuşdu $3. Çünki gedib yuxarıya axı qiyməti. Amma kağız nə olubdu? Gəlbəcəyə. Mən kağızı neyiniyim? Məsələn, indi yandı da aradan gedir. Sabahlarda Amerika dövləti dedi ki, əslən filan şumarə kağızlar cəlidir. Özü dedi də, deyib ki, 3 danası, buradan özü deyib ki, məsələn, 3 seri hər puldan 3 seri çap eləmişik. Yəni, fikir edin ki, bir dana $1 ki vardı, o $1 ki üstündə bir serial vurulubdu, 3 dəfə o çap olubdu. Məsələn, hər dəfə, fikir edin, məsələn, hər dəfə hərəsindən neçə milyard çap olubdu. Bir dana $1 məsələn çap olubdu, 1 milyard $1, məsələn, 1 milyard yox, məsələn, 10 milyard $1 çap olubdu. 100 milyard $100 çap olub məsələn. Bunu dünyaya verib, amma o 100 milyard bir dəfə çap olubdu. İndi deyir ki, biz 3 dəfə bu $100'dan 3 dəfə hərəsində də 100 milyarddan bir $100 çap eləmişik məsələn. Bunu dünyanın hər yerinə vermişik. İndi biz bunu toplayamayarıq. Bizim ekonomimiz bunu gətirə bilməz. Onun üçün borçluyuq biz. Gəldi neynədir? Pulun ərzişin hər yerdə istir gətirir aşağıya. Neynir? Məsələn, bir ki, buna da düzəldib da, dedim, o 2-ci Dünya Savaşında dünya hegemonisi olduğu üçün gəlib bir dənə bankı cəhanı düzəldibdir. Beynəlmiləl ulusal bank düzəldibdir. Burada gəlir deyir ki, Türkiyəyə sənə mən deyirəm ki, iqtisadın nə qədər güvənə bilər sənin iqtisadına. Gəlir nömrə verir. Deyir ki, ondan verirəm 4. Yəni mən Türkiyəyə güvənəmmərəm. Türkiyədə dolar nə oldu? Yat getdi göyə, fışıldadı. Yəni ərzişi gəldi aşağıya. Dünən ki $1 gedir 1 kilo almalıdır. İndi $1 gedir 10 gram almalıdır. Beləsi bir vəzə saldı. Neynədir? İndi sabahları şey olsa, bir nəfər dedi ki, bir dana dövlət dedi ki, mən sən dolarları yığam. Baxın görün neyniyibdir? Ərəbistan neçə min milyard dolar, bilmirəm, 700 min milyard dolardır, nə qədərdir? Amerikada pəsəndaz eləyibdir, sərmayə yatırdıbdır. Dolar. İndi gələ götürə, bu dolar, o dolar da heç pəsəndaz eləmişdi. Onda məsələn $1 gedirdi 10 kilo, məsələn deyirəm, $20 üzrsən, $20.000 gedirdi bir dana 100 metr ev alırdı. İndi $20.000 məsələn bankın birinci qıstını verənmir. Bu qədər pulu gətirib aşağıya ki, sən desən ki, mənim pulumu ver, $500.000 paydan, $500 milyard mənim pulumu ver, boşlusan. Əvvələn vermir. İkinci deyir ki, tamam, neçədir məsələn, gəl. Sonra da buna deyir ki, sənin ekonomin aşağıdır, risk ehtimalı var, İran sənə həmlə eləyə bilər, İran sənə həmlə eləyə bilər, sənin doların gəldi aşağıya.
Dolar orada qalxır göyə, özünün qiyməti gəlir aşağıya, deyir ki, tamam, bir belə sənə pul verəcəm. Məsələn, deyirəm, dünən alırdıq, 3 Ərəbistan 3 riyalın alırdıq 1 dolara. İndi ki, səni İran vura bilər, riski var, hər 10 riyalı alırıq 1 dolara. Gəlir sənə deyir ki, tamam, mən hesablayaq da, mən sənə 500 milyard verməliyəm, indi birdən-birə gəldi bir belə aşağıya, sən 3 bərabər azaldır qiymət pulu. Oldu məsələn 150 milyard, 500 milyardın oldu 150 milyard, gəl. Bir də sistem yaradıb. Yəni, bu cür dəqiq fikir eləyəsiniz ki, məsələn, çox əcib, fiiçidə bir sistem yaradır Amerika. Dedim, bir ideolojidir. Bunun dalısında çox böyük fikirlər oturublar, illər danışıblar, yazıblar, çalışıblar. Bir dənə sistem yaradıblar, bu sistemi də dünyaya getirdiblər. Bu fəqət burada deyil. Dildə də budur, tarixdə də budur, düşüncədə də budur, fəlsəfədə də budur, elmidə də budur, teknolojidə də budur. 100 ildir İranda çalışırlar, maşın düzəldirlər. 1340-dan başlayıblar İranda maşın düzəltməyə. Deməyək ki, 100 ildir, 50 ildir. 54, 50 neçə il olar? 1340-dan olsa indi 63 il. 63 ildir maşın istəyirlər düzəldirlər İranda. Hələ feylən ranəndənin qabağında oturan, sürücünün qabağındakı şüşəsilən var ha belə. O cıqqılıdır, musafiri oturan tərəfdəki yekədir. Əvəzin ki, sürücünün qabağındakı yekə ola ki, çox yeri aça görə, sürücünün qabağında. Çünki fəqət motoru oradan soldan götürüblər, qoyublar sağa, fərmanı soldan götürüblər, qoyublar sağa, sola, sağdan götürüblər, qoyublar sola. Amma yadlarından çıxdı ki, bunun təşkilatı da vardır, şüşəsilərin də yerini dəyişdirirlər. Buna deyərlər ekonomi, istimar, sümürgə. Kanadanın, Amerikanın bərqinin gücü evdə. Mən işlədirəm bu bərqi. Baxın, yandırıram. 110'dur. İranda 220'dir. Yəni burada Kanadada adam ölmək ehtimali, Amerikada, Kanadada adam bərqinən adamın ölməyi ehtimali %50 İrana görə azdır. Orada nə qədər adam ölür ölsün. Hər şey orada baha olacaq. Çünki hər şey 2 qat güclü olmalıdır. Ya nəcür olmalıdır bilmirəm. İndi mən bunları elektrik deyiləm. Amma hər halda bunlar çox ciddi bir məsələdir ki, məsələn, Amerikalılar sizə düzəldirlər, göndərirlər 220, burada özləri 110 işlədirlər. Hər şey bu cürdür. Hər şey bu cürdür. Bu ekonomi, bu da o şeydə danışdıq. O əksi mən niyə tapamadım? Neydi? Yadımdan çıxdı şey. Pulu danışdıq. Tamam. Feylən. Bu qədər yetərlidir. Görüm dostlardan taza bir şey yazan varsa, onlara bir əgər istəyən olsa, gələn olsa üstə danışarıq. İnternetdən pəs حرفای این کتاب معرفی کن سحر تب اینترنت محل گشت گذار امثال تو هست. بله اسکیناس جعل کردن با امضای خارجی. بله در ضمن ایران با آمریکا هم مرزونه است که بتونه حمله کنه. Irak'ı vurdu, dağıttı, Suriye'ni dağıttı, Libya'ni dağıttı, bir şey değil. Nedir o? Neydi o? İkinci Dünya Savaşı'ndan sonra getdilər oranı 10-15 il bombardıman elədilər. Dünya Savaşı qədər ora bomb tökdülər. Oranın adı yadımdan çıxdı bir ləhsə. نه خیلی اسکلات چاپ نمیتونه بکنه خیلی سخته و فقط کره شمالی این karo میتونه بکنه. Yox, o cür deyil. Kamilən çox da rahat istəyənlər deyirlər. Mafiyalar da bu işi görürlər. Mafiya pulları da çox bazarda var. Bunların çox hətta doları çox şey elirlər. Kanada'nın pulu məndə yoxdur. Mən Kanada'da indi biz pul dolandırmırıq yanımızdan. Kredi kart dolandırırıq. Kanada pulu plastikdir. Daha çox güvənlidir. Həm əzilmir, yuyulmur, paltarına getdi, paltar yuyan maşına xarab olub getmir aradan. Təmizləşir, plastikdir. Həm də əmniyyət sistemləri yuxarıdır, şumarələr yuxarıdır. Onu bununla belə cəl eləyib işlədə bilirlər. Cücə etilat nə dاری hərf nəzər. Bəsi چون برای بذار دائل خودش بیاد جوجه واسط خیلی زوده زرده. Bilmirəm bunlar dostlar üçün. Hə, Vietnam, əhsən, yaşa dostum.
Bəli, bəli. Güclü qudrətlər, və mən bu haqq məsələsində dedim dostlar. Haqq nədir? Sizin haqqınız heç birinizin yoxdur. Mən indi bura qoymuram, haqqı vermirəm də gələsiz bu otağa. Niyə? Deyirəm, bura mənim gücümdür da. Deyirəm, almıram otağa. Nə deyirsən? Çünki haqqı mən tərif edirəm burada. Çünki burada mənim gücüm var. Güc olsa haqqı tərif elərsən. Haqq gücdür və iradədən gəlir. İradə və güc. İradəz ola gücüz olmaya haqqınız yoxdur. İndi Güney Azərbaycanda bizim iradəmiz var. Nə iradəmiz var? İstəyir dövlətimizi quraq, müstəqil olaq. Bu bizim, amma gücümüz yoxdur hələ fiilən, dövlətimizi quramırıq. Bu iki iradəmiz var, çox mühümdür. Çünki iradə əslidir. Güc ona bağlıdır, gələcəkdir. Geci-tezi biz güclənəcəyik, geci-tezi biz dövlətimizi quracağıq. Bax, bunda şək eləməyin, dostlar. Əsla və əbəda şək eləməyin ki, Azərbaycan və Türklər müstəqil olacaqlar. İran adında bir məmləkət dağılacaq. Yer üzündə İran adında bir məmləkət bu nəxşi ilə ki bugün var, siyasi varlıq, o olmayacaq. O qutulacaqdır, onun dövrəsi qutardı. Ha zamandan qutardı? O zamandan ki Azərbaycanlılar, ərəblər, bəluçlar, türkməənlər, qəşqailər dedilər ki, biz ayrı millətik. Biz İranlı deyilik. Hangi millət ki deyir, mən Kürdəm, mən ərəbəm, mən bəluçam, mən türkmənəm, mən qəşqaiyəm, mən filanam, mən İranlı deyiləm deyən demağa gəlməyib hələ, o hələ deyir, mən qəşqaiyəm, mən türkəm, mən filanam, o deyir ki, mən ayrı iradiyəm. Amma gücü yoxdur, demir. Özünə haqq yaradır. Çünki siz iradə eləyəndə ki, mən Fars deyiləm, mən İranlı deyiləm, bunu içərinizdə deyildiniz. İndi bunu eşikdə nə cür qışqıracaqsan, mən Azərbaycanlıyam, mən türkəm, mən qəşqaiyəm. İçəridə nə cür düşünürsən, mən İranlı deyiləm. Eşikdə nə cür göstərirsən, mən qəşqaiyəm, mən türkəm, mən ərəbəm, mən bəluçam. Bu, o sözün doğrusu belədir. Doğru. Sağ olun dostlar. Teşekkür edirəm. Var olasınız. 2 dənə mətləbdən danışdıq. Bir dənə cəli göstərdik. Nədirdir? Dostumuz o pulu yazan mənə deyirdi ki, soruşubdu ki, sən heç yaxından Qacar pulun görmüsən? Görməyimi rəbb yoxdur. Mən baxıram cələ. Sən məni sehr cadu eləyən məsələn 200 milyondur. Hə, onu oxuyurdum. Yazmışdı ki, bunun şeyi, onu oxuyurdum. Yadımdan çıxdı, bağışlayın. Bu pulun ərzişin yazıbdır. 2 dənə cəli özü yaradıbdır. O 2 cəli də sizə göstərdim dostlar. O cəli göstərmiş, pulu göstərdim. Pulun üstündəki iradları dedim, amma cəlin bir dənə, yəni yeni cəli sizə demədim. Tamam. İskinas. Dostlar, bu dostumuz ki bu pulu qoyub burada satdığa nə yazıb? Yazıb ta hala əvvəlin İskinas İran o didə budi. İskinas یک تومنی ناصرالدین شاه orada yazıb tuman, bu yazıb tumen. یک تومنی ناصرالدین شاه ki در سال 1890 diqqət buyurun. Pulda nə yazmışdı? Yazmışdı 1896. Şahın bu burada yazıbdı ki 1896 əgər 1896'da bu pul çap olubdu. Adam aşağıda 1890'da 6 il cəl eləyibdi. Miladi bir çap رسید. قیمت این اسکناس زیبا در سالم ترین حالت ممکن 200 milyon tümen. Bu da bunun şeyiydi. Yani bir dana mətnidə pulda üstə yazıbdı 1896, öz aşağıda yazıbdı 1890. Üstə yazıb tuman, bu aşağıda yazıb tüməni. Tüməni. Belə yazıbdı. Bu da 2 lan. İstədim görəsiniz ki, nə kolaylıqla insanlar bunu deyir, bəlkə yox, mən ləhcə-i Tehruniyə, Farsiyə, Emruzi neveşdəm. Yox, ağa, sən o zaman ki gəlirsən, bir dana sənədə görə danışırsan, o sənəddə yazılan dili gətirəcəksən. O sənəddə yazılan dili dəyişdirsən, ona cəli deyərlər, ona ələ-parmaq deyərlər. Hələ indi sən fəqət sən bunu satasan bu qədər cəli, bilmirəm sən cəliləmsən, ayrıları cəli eləyiblər, sənə satıblar. Bir nəfər də buna cavab yazıb ki, 45 milyonu alsan məndə var. Yazmışdı altında. Bir yol. Hər halda sağ olun əziz hörmətli dostlar. Çox sağ olun, var olun ki varsınız. Keçənki proqramda mən şeyləri danışmışdım. Sorular ki Azərbaycan hizbilərinin, təşkilatlarının
başkanlarından ya müavinlərindən soruşacağam. Onlara görə biraz danışdım. Sərmayəyə yetişdik, qaldı. Bu günləri bunu danışdıq. Əgər gələn hövsələmiz olsa, halımız olsa gələcəyəm. Yenə o soruların dalısını danışaq ki, məsələn, sərmayədən görə onlara nə soruşacağıq? Ya o birisi şeylərə görə nə soruşacağıq? Gecəniz xeyirli qalsın. Sağ olun.